Salam əziz və hörmətli dostlar, xoş gördük sizi. Umarım keyfiniz sazdır, yaxşısınız. Ərz edim xidmətinizə, mən ta qonağımız təşrif gətirincən bir neçə dostumuzu dəvət eləyim. Sizlərdən də xahiş eləyəcəm, əgər imkanı olsa, bir neçə dostumuzu dəvət buyurasınız hər kəs ki, bu düşüncə proqramları daha çox adamların qulağına yetişsin və düşüncə səviyyəsində əl-ələ verək, çalışaq, bir yol açaq, ya bir yolu daha genişləndirək, beləsi desəm daha bəlkə yaxşı olar. Bu səfənin əşyasında bir ox başı var, onu vursaz, dostlarınızı dəvət eləyə bilərsiniz oradan. Mən Instagram icazə verir ki, 150-yə yaxın dostu dəvət eləyək. Mən onları qutarım, görək ki, qonağımız da təşrif gətirmiş olsa. Daha bir səlam ərz edirəm əziz və dostlar. Çox sağ olun, təşəkkür edirəm huzurlarınız üçün. Bilirsiniz, bu canlıların bir neçəsində belə bir qərara gəldik ki, bir otağı fikr açaq və düşündük ki, bu otağı fikr dediyimizdə bir ad qoyaq, düşüncə bağın qoyduq. Buna görə ki, Azərbaycan və Türklər çox böyük bir millətdirlər. Bunların içində hər cürə fikir var. Solçusu var, sağçısı var, millətçisi var, İrancısı var, dinçisi var, dinsizi var, dinlə qarşı olanı var. Ondan sonra müxtəlif siyasi düşüncələr var, istiqlalçı var, federalçı var, haqqı təyini sərnevişçi var və var ki var. Yəni bizim millətimiz çox rəhli bir millətdir. Onun üçün bağ desək daha yaxşıdır və eyni halda azaddır. Bağ deyəndə bir azad düşüncə gəlir zehnə. Otaq deyəndə bir kilitli, bağlı, dörd divarın arası gəlir. Onun üçün belə bir proqramı götürdük. Sonra proje tərif eləyəndə bu otağa dedik ki, nə tərif eləyək? Çoxlu mövzuları ortaya qoyduq. Sonunda bu nəzərə gəldik ki, Güney Azərbaycanın və İranda yaşayan türklərin siyasi partilərinin nümayəndələri, rəhbərləri gəlsin, çağıraq dəvət eləyək, təşrif etsinlər və onların siyasətlərin, düşüncələrin, fəlsəfələrin, ideolojilərin, yol görüşlərin ki, onlar hangi yolla istəyirlər getsinlər, nə istəyirlər, nə istəmirlər və müxtəlif qavramları, məfhum, mənasını nə cür düşünürlər, qavramları nə cür düşünürlər, nə cür anlayırlar, nə cür anlatmağa çalışırlar. Vətən nədir, millət nədir, dövlət nədir, hakimiyyət nədir, İran nədir, Fars nədir, Fars dili nədir, Türk dili nədir, Türk dilinin mövqeyi nədir olacaq, millət nədir olacaq, vətən nədir olacaq, çoxlu. 500 soru ortaya qoyduq dostlar. Və əlbəttə əvvəl Azərbaycan, Güney Azərbaycan siyasi partilərinin liderlərini dəvət elədik. Sonra soruları ortaya çıxartdıq. Sonra bir qural qoyduq ki, bu qural əsasında işləyəcək. Hamı, yəni bu quralı hər kəs qəbul eləsə bu proqrama gələ bilər, qəbul eləməsə gələ bilməz. İndi o quralları da oxuyacağam bu günlər ki, nə cür olacaqdır. Ən önəmlisi budur ki, ədəbli, mərifətli, ədəb-ərkanlı, çox politikal, hər kəsin öz düşüncəsini deyəcək, özgələri nəqd eləməyəcək, özgələrlə işi olmayacaq. Bu adamdır, bu hizbidir, filandır, onlarla işi olmayacaq, özünün düşüncəsini deyəcəkdir. Özgəni nəqd eləyib, özgə həml eləyib, özün isbat eləməyəcəkdir. Bunun əsasında ən önəmlisi budur, onlara nömrə verilir, müsbət və mənfi. İndi dostlar, başladıq bu 11-12 dənə hizbidən, əvvəldə biri dedi, gəlməyəcəyəm. Dökür Seyfiqani dedilər ki, biz içəri ilə, eşiklə məşvərət eləyəcək, cavab verək, hələ gözlürük, 1 ay, 2 ayadan çoxdur, gözlürük bunları. O birisi partilərdən gəldilər. 2-3 gün bundan qabaq partilərdən biri də dedi ki, biz gələ bilməyəcəyik. Yay fəslinə düşür bu və bizim çox planlanmış bərnamələrimiz var, müxtəlif ölkələrə gedəcəyik filan. Ondan dolayı gələ bilməyəcəklər. Güney Azərbaycan Cumhuriyyət Partisi Araz bəy Ataxan dedilər ki, gəlməyəcəklər. Bu beləliklə partilərdən biri də müsahibədən çıxdı. Amma gələk, onlar ki demişlər gələcəklər onların vəzinə.
Mən gözləyirəm ki, qonağımız Sayın Eldar bəy Qaradağlı təşrif gətirsin. Mən icazənizlə burada onu yazım əvvəl ki, Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Qurtuluş Partisinin, mən əgər burada yaza bilsəm, bir əvvəl dəvət edeyim, görüm tapa bilirəm buradan. Bəlkə gəliblər, amma mən Eldar, tamam, mən fikir edirəm ki, görsün və qəbul eləsin, təklif gətirsin. Bir ay öncə partilərlə başladıq, listə hazırlamışdıq, həriyə bir həftə vaxt vermişik. Bir həftədə 24 saat, yəni hər gün 6 gün əlbəttə, 6 gündə hər gün 4 saata qədər cavab verə bilərlər. 1 saat da eləyə bilərlər, 3 saat da, 5 saat, 4 saat da. 4 saatdan izafi Instagram bizə bu icazəni vermir. Hədəfimiz də budur ki, bir dənə bir mərcə yaradaq. Azərbaycan siyasilərin şey eləmə və eyni halda fərqli hədəflər olur, bilirsiniz. O cümlədən məsələn, buradan bir ideoloji çıxsın, buradan bir yarışlar çıxsın, düşüncə yarışı çıxsın, buradan bir nəqdi toplumu tapılsın, düşüncə nəqdi toplumu tapılsın, buradan bir kitablar çıxsın ortaya. Umarıq ki, hər hizbə 1-2 cild kitab çıxararıq. İngilisi və Türkcədə, ya İngilisi və Ərəbcədə, beləsi hər partiyə, yəni 1 ya 2 müşəxəs kitab çıxararıq. Və bunların 500 soruya yaxın sorudur, bunlardan sorulur, onlara cavab versinlər, özlərini challenge eləsinlər, özləri o birisi partilərlə özləri müqayisə eləsinlər, görsünlər ki, gücləri nədir. Eyni halda bu İran deyilən o çərçivədə olan kandidlərdən, siyasilərdən, nümayəndə istir olan, o hər kəs ki vardır da, onlardan və siyasi partilərdən ya o siyasi əncümənlərdən ki, fəaliyyət edirlər, onlardan da bu sualları sormaq olar ki, siz nə düşünürsünüz bu haqda? Məsələn, mən dünən bir danışıq paylaşdım dostlarla, bilmirəm, görüblər, görməyiblər. Orada gəlirəm, deyirəm ki, bizim 20 ildir Tehriqani cənablarının o seçkilərə qoşulub çıxmasına mane olan dövrədən bu günə şüarlarımız sabit qalıb, değişməyibdir, dərinləşməyibdir, genişləşməyibdir, radikallaşmayıbdır. O halda ki, biz əgər istəyirik ki, bir fayda qazanaq və bir hərəkətdə olaq, daimən şüarlarımız, istəklərimiz, düşüncələrimiz inkişaf eləməlidir, daimən gelişməli və radikallaşmalıdır. Çünki əgər düşüncələr radikallaşmasa, önə getməsə, mən radikalı da orada bir balaca məna eləmişəm. Məsələn, bizim indi radikal olmamız bugünkü günlərdə, mən hala görürəm ki, dostumuzdan xəbər yoxdur, bir də çalışın burada, Eldar bəy. Bir də çağırım, umaram ki, gələ bilsin. Əlbəttə, biraz bundan öncə danışmışıq, yəni hazırdılar, amma ehtimalən Instagramda məni tapanmırlar, bu müşkülə üzbəüz olmuşuq. Təşrif gətirsəcəm, Eldar bəy. Əgər təşrif gətirmiş olsanız, lütfən orada bir selamun əleykümdən ya xoş gəldinizdən bir şey yazsaz, mən sizi görürəm və çağırırım. Burada çalışıram ki, sizi, cənabınızı görürüm. Hər halda, ondan sonra partilərə vaxt verdik. Ən başda Güney Azərbaycan İstiqlal Partisi ilə başladıq və Salih bəy İldırım bu hizbin lideri olaraq, sözcüsü olaraq təşrif gətirdilər. Bizim sorularımıza 6 cəlsədə 24 saatda cavab verdilər. Sonra 6-7 cəlsədə bundan sonra o qalan sorularımız ki, %65 qalmışdı. Onlara da cavab göndərdilər və biz də onları yaydıq. Umarım ki, tezlikdə də eləyə bilək, onları köçürdək yazıya və çapa göndərək. İkinci parti ki, dəvət eləmişdik, qəbul eləmişdilər, gəlmədilər. Birinci parti təqribən bu 11 ya 12 bölümdə 11 dənə məndən ən üstün unvanı qazandı. O da nə idi? Milli Ərdəmli. Heç kəsi nəqd eləmədən bir cəlsədə Günas TV-yə işarə elədikləri üçün bir dərəcə azaldılar və ən ərdəmli oldular. Ondan qalanı çox gözəl siyasi dillə heç kəsə bir işarə eləmədən çox ədəbli, mərifət və ərkanla hizbin ləyaqətli olduğunu göstərdilər. Ondan sonra Əjdər bəy Təqizadə Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı tərəfindən təşrif gətirəcəkdir lider olaraq.
Mütəəssifanə 6 gün bununla hər halda yazıldı. Hər halda gəlmədilər 6 gün. Hər gün 10 mənfi verdik və beləliklə 60 mənfi olaraq toplandı. Umaram ki, gəlsinlər. Taza siqnallar gəlir ki, istəyirlər Mərkəzi Komitədə yenə danışsınlar şuralarında və cavab versinlər. Umaram ki, gəlsinlər və bu mənfilər getsin, yerinə müsbətlər gəlsin. Eyni halda siyasi arenada, siyasi meydanda bir böyük challenge-lə üzbəyiz olacaqlar. Eyni bizə tay, yəni burada əlan challenge-dir. O, bais olacaq milli hərəkət cərəyanı çox güclənəcəkdir. Onu mən düşünürəm. Üçüncü parti ki, gəldi, Azərbaycan Demokrat Partisi, Yunis bəy Şamili cənabları, bunlar da 6 cələsə gəldilər. Az çox hərəsində 2 saat, 3 saat, 4 saat şirkət elədilər. Və bunlar da bir dəfə 400 SSK-niyə fikirdən işarə elədilər. Ondan dolayı ən üstün rütbədən gəldilər aşağıya. Amma o 6 cələsənin 5-ində milli ərdəmli, birində ən ərdəmli aldılar. Mənfi əslən almayıblar. Mən hala gözləyirəm ki, o verilməmiş sualları ki, hududən 80%, 85% qaldı. O suallara cavab versinlər. Hələ fiilən 2 həftə olur ki, cavab verməyiblər. Bir həftə olur ki, cavab verməyiblər. 2-ci həftəyə geçdik. Üçüncü parti ki, gəldi, 4 partidən biri də gəlməmişdi. Azərbaycan Mərkəz Partisi, Salih bəy Şamirali cənabları idi. Onlar da 6 cələsənin 5 cələsəsini gələ bildilər. Bir cələsəsin şəxsi məsələlərdən dolayı, iş məsələlərindən dolayı gələ bilmədilər. Və hər 5-ində də milli ərdəmli unvanını aldılar. Yəni, çox ədəbli, ərkamlı, heç kəsə təhqir, tohin etmədən heç bir şəxsə və heç bir partiyə sorulara cavab verdilər və beləliklə elə bir ki, təşrif gətiriblər bəli qonağımız Eldar bəy Qaradağlı təşrif gətiriblər. Mən əgər çağıra bilsəm. Eldar bəy, əgər siz oradan bir salam yazsaz mənə, bəlkə oradan mənə icazə verər. Buradan da çalışıram əlbəttə, amma olmur. Əgər Eldar bəy mənim səsimi eşitsəz, oradan bir şey yazsaz, bir əlamət versəz, yazsaz oradan mən sizi çağırmağa imkan yaranacaqdır. Salih bəy Şamirali o 5 cələsənin 5-ində də milli ərdəmli unvanını qazandılar. Təbrik edirəm eyni halda. Və bir böyük iş də gördülər. Buyurdu ki, televizyonları var onların, bilirsiniz. 24 saat satelitdən, mahvarədən yayılır. Peykidən yayılır. Bizim bu programları ora daşıdılar və hər gün, hər bir program ki geçir hər gün, onu televizyona 2 dəfə yayırlar. Bir dəfə axşam Təbriz vaxtı ilə saat 12-də, bir dəfə də Təbriz vaxtı ilə sübh saat 8-də yayırlar və çox böyük, bu işdə böyük addım götürdülər. Var olsunlar, sağ olsunlar. Bizim təşəkkürlərimizi daha buradan bir dəfə də eləyək. Ərəbcə deyirlər ki, mən ləm yəşkürül məxluq, ləm yəşkürül xaliq. Hər kəs ki, Allahın yaratmış insanlarından xeyir getir topluma şükür eləməsə, onların qədrini bilməsə, Allahın da qədrini bilməz deyə bir hədis var. Biz də bu böyük işin qədrini bilirik, önəmini bilirik. Onun üçün onlardan da çox təşəkkür edirik. Umarım ki, xeyirli olsun. Eldar bəy, mən hala hər nədənsə buradan vururam, icazə vermir. Eldar bəyi çağırım. Eldar bəy, mənim səsimi əgər eşidirsiniz, lütfən bir şey yazın. Aha, yazırsınız. Tamam, mən burada gördüm ki, mənim yerimdə burada donub qalıbdı, amma baxmıyorum, sizi tapa bilirəm, tapdım. Tamam. Bəli, indi o salam olan yerdən açıldı. Tamam. Təşəkkür edirəm dostlar. Qoyun bunu çəkim yapaq edəcəm. Bu işləsin. Zahirən işləməmişdir. Tamam. Görürəm dostlar. Çox xoş gəlmisiniz. Var olun, sağ olun. Təşəkkür edirəm. Özümü də oradan gördüm. Kameranı söndürəcəksiniz özünüzə tərəf. Aşağıda bir dairə var normalda kamerada. Onu vursaz söndərir, video sizdən özünüzdən götürür və kompüteriniz görünmür. Təşəkkürlər, amma eyni halda ki. Bunu deyin dostlar.
Eldar bəy Qərədağlı cənabları soruları görüblər, oxuyublar zahirən və partilərin əvvəl adını dəyişiblər, bunu deyim. Öncədən partilərin adı Güney Azərbaycan Qurtuluş Hərəkatı Təşkilatı idi. Partilərin adı dəyişdirilib olubdu Güney Azərbaycan Qurtuluş Partisi və ona 32-33 dəfədə bir düzənək yazıblar, bir məramnamə yazıblar və bizim sorularımızın bir çoxuna da orada cavab veriblər. Salam aleyküm, xoş gördük sizi. Umarım ki çox xoş, əvvəl xoş gəlmisiniz. Umarım ki hər şey yaxşı olsun və yaxşı geçsin. Əgər siz də biraz kameranı versək dalıya ki başınız kamil görsənsin, çox gözəl olar. Otursa gözəl olur, təbii ki. Salam aleyküm, necəsiniz? Bir kəsici yoxlayaq. Necəsiniz, nə var, nə yox? Siz yavaşdır, biraz ya uca danışacaqsınız ya. Mən bilgisayarla qatılmışdım, amma alınmadı bilgisayar. Ona görə də döndüm mobilə döndüm. Tamam, iradı yoxdur, heç iradı yoxdur. Mən də bilgisayarla eləyə bilmirəm ki, heç iradı yoxdur. Aha, olsaydı çox yaxşı olardı, çünki mən qanında olurdum da. Bilirəm. Olsa çox yaxşı olur. Hər halda. Tamam, olsun. Xoş gəlmisiniz. Təşəkkür edirəm ki, huzur tapdınız. Umarım ki, gələn 6 gündə çox ciddi bəhslərimiz olsun. İnşallah. Dostlar, mən icazənizlə Eldar bəy, icazənizlə mən başlayayım bir müqəddimə, qısa müqəddimə deyim, buradan qabağı mümkündür kəsilə. Buradan bu üzəni rəsmi halətdə başlayaq. Salam əziz və hörmətli dostlar, xoş gəlmisiniz. Umarım keyfiniz şad olsun. Dünyanın hər yerində və hər zaman bu videolara baxırsınız, ya kitabı oxursunuz, bizim hörmətimizi, saygımızı qəbul edin. Ərz edeyim ki, mən İnsafəli Hidayət Düşüncə Bağı proqramının ya fikir otağının aparıcısıyam. Bu otaqda Güney Azərbaycan və İranda yaşayan türk təşkilatların mənsubları dəvət olur və bizim 500 sorumuza müxtəlif sahələrdə ideolojik, siyasi, ictimai, iqtisadi, uşaqlar haqqında, böyüklər haqqında, yaşlılar haqqında, qadınlar haqqında bir çox sahələrdə Amerika nədir, Çin nədir, onlarla necə düşünürsünüz, Hindistan nədir, Fransa nədir, İngilizistan nədir, bunları necə düşünürsünüz və çoxlu, yəni yüzlər belə sual vardı. Bunlara cavab verməyə çalışırlar. Güney Azərbaycan partilərindən biri deyib gəlməyəcəkdir. Biri də gəlməyibdir əmələn, biri də dedi gəlməyəcəm. Yəni üstündə üçü deyibdir ki, gəlməyəcəm, biri də deyibdir ki, soruşacağam, sonra cavab verəm. Bizim buradan gələn qonaqlarımızdan Güney Azərbaycan İstiqlal Partisi 6 cələsəni gəlibdir, sonra da 6-7 cələsə doldurublar, səslərə göndəriblər video şəklində. Məndən ən üst nişanı alıblar. 6 günün 5-də Milli Ərdəmli və 1-də Ərdəmli. Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı gəlmədi. Cənab Əjdər Təqizadə və onun əməkdaşları mütəəssifanə 60 mənfi aldılar. Yunus bəy Şamili Azərbaycan Demokrat Partisi tərəfindən təşrif gətirdilər. Çox gözəl 6 cələsədə şirkət elədilər. 5-də ən üst nişanı, yəni Milli Ərdəmli və 1-də ən Ərdəmli aldılar. Salih bəy Kamirani da Azərbaycan Mərkəz Partisi lideri olaraq təşrif gətirdilər və 6 günün 5-də iştirak elədilər. Hər 5-də də Milli Ərdəmli unvanını qazandılar. Eldar bəy, əgər icazə buyursanız, mən hər qonağımız gələndə bu iş əməkdaşlıq qurallarını oxuyuram, onu bir oxuyayım, ondan sonra gedək. Dostlar, biz bunun əsas bir çərçivə yazmışıq. O çərçivə əsasında işləyirik burada. Düşüncə Bağı otağının iş quralları. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubları, salamlar və saygılar. Güney Azərbaycan Düşüncə Bağı otağına xoş gəlmisiniz. Düşüncə Bağının iş quralları. 1. İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. 2. Sizlərdən soruları İnsafəli Hidayət soracaq. 3. Sizlər İnsafəli Hidayətdən soru soramazsınız. 3. 4. Əgər vətəndaşlardan qonu haqda sorular gəlirsə, adı bəlli olan vətəndaşlar soru sora bilər və İnsafəli Hidayət o soruları sizlərə yönəltilir. Hər kəs təşkilatında olan bir
yer ya mənsubiyyəti və soy adı ilə xitab olacaqdır. Mən çox vaxt bəzən Eldar bəyin güvəndiyim üçün ya bəzən Salih bəylərin ya Yunus bəy Şamili dinaqların adlarında işlədirəm. Mənə bağışlarlar bunu əgər belə işlədirsən. Mümkündür oturum 1 saat hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Mümkündür oturum 1 saat ya da 5 saat sürsün. Əgər sorular və cavablar bir gündə 4 saat içində bitməzsə, ara düşmədən və ardı kəsilmədən 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı günlərdə davam edə bilər. Soruların cavabı olduqca xülasə və müstəqim olmalıdır. Bunun təşxisi insafəli hidayətə bağlıdır. Əgər parti mənsubları suala cavab verməkdən qaçırsa, ya cavabda haşiyəyə gedirsə, insafəli hidayət qonağın söhbətini kəsib sorunu yerindən soracaq. Soruların cavabı qane edici oldu ya olmadı, insafəli hidayətin təşxisinə bağlı olacaq. Qonaqların sonuncu cavab haqqı var. Soruda və cavablarda heç bir şəxsə və təşkilata ədəbsizlik, acı söz, hiss sifətlər verilməyəcək. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira, təhqir və mənfi sifət dilə gəlirsə, o fərd və təşkilata ki cavab verir, üzrüsəm ittihamda olubdur, cavab haqqı veriləcəkdir. Həmən birəyə təşkilatın haqqı var, aynı zamanda söz alıb cavab versin ya gələn oturumlarda huzur tapıb cavablasın. Tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi adı çəkilən fərd və təşkilatlardan əlavə insafəli hidayətlədir. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib, onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına alırsa, insafəli hidayət o bireyi ya təşkilatı həmən cələsə ya sonuncu iclasda cavab üçün dəvət edəcək. Düşüncə bağı otağı ədəb, ərkan, mərifət, sayğı və hörmət üzrə qurulacaq. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırsalar, ki umarım qalmasınlar, sayğılı və hörmətli sözlər ilə o bireyi və təşkilatın adını çəkəcəkdir. Otaq başlanandan sona dək hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olub elan olacaq. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrənin sayı elan olacaq. Beləliklə, o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Mənfi nömrəsi az olan ya əslən mənfi olmayan, nömrəsi olmayan təşkilat və onun mənsubu ən ərdəmli və milli ərdəmli sifətlərinə layiq görünüb. Topluma və həmən iclasın və sonraki iclasların sonunda tanıdılacaq. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özlərin millətimizə ən gözəl ədəbli, siyasi, ədəbi sözlər ilə və xülasə olaraq tanıtmalığını rica edirəm. Var olun, sağ olun. İndi cənabınıza növbə yetişdik. Buyurun bir səlam əleyk edin. Bir sizi tanıyaq, sonra yavaş-yavaş sorularımıza başlayaq. Təşəkkür edirəm, çox sağ olasınız. Buradan bizi eşidən, dinləyən və görən hər kəs salamlayıram. Mən Eldar Qaradağlı və demək ki, Güney Azərbaycan Milli Qurtuluş Partiyasının hal-hazırdakı başqanıyam. Umarım tezliklə gənclərimiz, ondan sonra daha yetənəklilərimiz gəlsinlər və bizim yerimizi alsınlar. Onu gerçəkdən deyirəm, ürəkdən umuram və çünki hər halükarda bizim nəslimiz dəyişməyincə qurtuluşumuz ortaya gəlməyəcəkdir və bu çox önəmli bir məsələdir. Və bizim arzumuz, diləyimiz gəncliyimizin yetişməsi, diləyimiz demək ki, bir bütöv millət olaraq qadını, kişisi birlikdə, bir səhvdə, bir sırada bu milli qurtuluş hərəkatına zəfərlə yola düşüb və zəfərlə demək ki, bunu əldə etməsidir. Və bu da ancaq və ancaq gəncliyimizin olur. Həm gəncliyimizin rəhbərliyi ilə, liderliyi ilə, həm gəncliyimizin meydanda olub və hərəkəti ilə. Və bizlər sadəcə və sadəcə buna vəsilə yox. Biz də bir nəsl idik, gəldik və bu nəsl indiyənə qədər gəlmişik, bura çatmışıq.
Umarım ki bundan sonra da demek ki bütün ömrümüzü, hayatımızı birinci demek milli hayatımızı, milli e, bayaq dediğiniz güzel bir sözdü. Erdemimizi demek milletimizin erdemli harekatına sarf etmiş olaq. Bir daha herkes selamlıyor. Çox sağ olun. Təşəkkür edirəm. Bəs onda ilə başlayaq. Lütfən özünüzü və təşkilatınızı biraz uzun tanıtdırın. Siz kimsiz? Təşkilatın nədir? Tamam. Ben her şeyden önce herkesten üzr istəyirəm. Sinem tutulup, səsim tutulup da bir iki gündə belə nasazam. Ona göre de çok üzr istəyirəm. Səsim əgər doğru düzgün gəlmirsə. Yaxşıdır. Buyurun. İnşallah etibarən düzələr. İnşallah. Fikirlərim düzələrsə etibarən. Demək ki, dediyim kimi mən Təbrizdə anadan olmuşam və demək Azərbaycan evladıyam, Azərbaycan Türkiyəm. Önemli de Təbrizdə anadan olmuşam, olmamışam. Önemli budur ki, demək ki, o vətənin, o millətin evladıyam. Və 1955-ci ildənəm. Demək, təhsilatımı Təbrizdə almışam. Universitetimi Təbrizdə keçirmişəm. Və demək, iqtisad müdiriyyət oxumuşam. Ve daha doğrusu ondan sonra ümumiyyətlə geçmişəm bir qədər qaçıq həyata. Bunun deyilməsi də doğru düzgün deyil. Bütün hamımız elə o həyatı yaşamışıq bizlər və bir-birimizə demək olar ki, necə deyim, bunu deməklə Allah eləməsin, minnət qoymayaq deyə. Deməlidir. Ömrümüzə Şey deyil, o keçməyək. Hər kəs zəhmət çəkir və zəhməti bilinməlidir. Bunun gizlətməsi yoxdur. Biz bu Avropaya gələndə, bu nörgəşli Avropaya Kanadaya gələndə ki, onları ki, İranda deyirlər şikəst nəfsi, əslində iftixarımızdır bizim. Bizim yaşadığımız həyatdır. Mübarizə aparmışsınız. Buyurun ama, niyə ki? doğru. Demək ki, 1979-cu il inqilabdan sonraki duruma gəlim. Çünki oradan demək olar ki, hər kəsin həyatı eynidir. Yəni o İran adlanan ölkədə. Ancaq biz orada 1979-cu ildən sonra demək, Məhəmməd Dəri rəhmətli Dördüz Ehtabı, əziz professorumuz, şəhid professorumuzun İraqdan dönməsi ilə Təbrizdə böyük bir həyəcan baş verdi. O həyəcan bu idi ki, rəhmətli gələr gəlməz bir neçə ay sonrası Azərbaycan müstəqil demokrat firqəsini yaratdı. Bəlkə bu bizim tariximizdə çox az deyilibdir, İnsaf Əli bəy. Bəlkə biz gənclərimizin bir çoxu bunu bilmirlər. Çünki mən bilmirdim. Bir də bunu işarə buyurun. Partinin adı nə oldu? Azərbaycan Müstəqil Demokrat Firqəsini yaratdılar. Və bu Azərbaycan Müstəqil Demokrat Firqəsini biz neçə ay sonra, daha doğrusu belə deyək ki, o zamanlar idi ki, artıq yavaş-yavaş bu Hizb-i Tuğda da gəlmişdi və Təbrizdə özəlliklə Azərbaycan Demokrat Firqəsi adına Təbrizin nisbətində bir zirzəmidə bir dənə ofis yaratdı. Və biz demək o zaman 10-12 nəfər dostluyduk ki, Təbrizin İnstitut Teknoloji məktəbindən birləşmişdik. Gürcistan qabındakı Dəbilistan. Bəli. Demək ki, oradan birləşmişdik, oradan yoldaşlaşmışdıq və o zamanda biz daha doğrusu gəldik Azərbaycan Demokrat Cavanlar Dağçıları adında bir qrup yaratdıq. Elə adı da belə getdi. Azərbaycan Cavanlar Demokrat Dağçıları. Adı da belə getdi. Və biz o günlərdə belə gedirdik fəaliyyətə, gedirdik dağa, dağda şuar yazırdıq, filan elirdik Behman və şuarlarımızın da əksəriyyəti, yəni əksəriyyət deməyim, 100-ə təqribən deməyə 100-ə 100 türkçə idi.
Yaşasın bir şey de bilmirdik, bir şey de bacarmırdık. Çünkü mesela diyeyim ki bir şey bilirdik, bacar yok, şuar yazırdık. Mesela yaşasın Pişəvəri, yaşasın Demokrat Firqəsi, yaşasın Türk, belə deyildik, belə şeylərlə və o fiksaturlar vardı, fiksaturlarla çıxırdıq sıldırım daşlara, orada gedirdik, yazırdık. Bu da tabii ki ister istemez bir yeni adımlar idi. Yani o nesil demək olar ki yeni adımlar atırdı. Ve sonraki inkılap oldu. İnkılap olar olmaz dediğim kimin bu Hizb-i Tuğda geldi Təbrizdə Azərbaycan Demokrat Firqəsi ofisini yarattı Nisriyyatda. Və biz neçə dostlarla birlikdə getdik oranı gördük. Gördük bəli kitablar düzüblər. Ondan sonra demək ki bu dünya şeyləri vardı, məcəllələri vardı. Yani daha doğrusu Azerbaycan gazeti vardı. Azerbaycan gazeti. Ondan sonra Merdum idi. Name-i Merdum gazeti filanı ve bu tür düzmüşler, sermişler. Ve biz tabii ki ister istemez zamanlar gənclər ve buna demək ki daha vurgun vurulduq. Belə deyim. Və ondan sonra bir neçə dərsə də getdik. Getdik, onlarla birlikdə olduq, danışdıq, söhbət elədik. Demək, o zaman Bakıdan da gələnlər var idilər. Və sonralar da bunların bir neçəsi bilirsiniz ki, şey oldu, edam oldular. Yəni rejimin əli ilə edam oldular. Ancaq biz demək bu hərəkətlə girdik, hərəkətlə iç-içə girdik və nəhayət bu idi ki, ondan sonra 400 hektarının gəlməsi ilə artıq yeni bir cərəyan başladı. Azərbaycan Müstəqil Demokrat Firqəsi. Və bunun da gərəkçəsi bundan ibarət idi ki, 400 hektarı Azərbaycan Demokrat Firqəsini qəbul etmirdi. Və deyirdi ki, bunlar bağlıdırlar. Bunlar demək ki, o müstəqilliyini əldən veriblər. Artıq bizi nümayəndəlik etmirlər, təmsil edə bilmirlər. Ona görə də gəldilər və burada da yadıma gəlir, tabii ki, çox belə sayğılı, dəyərli insanlarımız, mən onların birisinin adını çəkim ki, bu həyatda deyil, rəhmətli Həsən bəy Dəmirçi, bununla birlikdə idilər və o günlərdə, o zamanlarda biz daha doğrusu sıx iki yoldaş idik ki, birbirimizlə gecə gündüz bir yerdəydik. O mənim çox dəyərli, çox sayğılı, gözəl bir insan, dostum, Pərviz adında birisi idi. Bizlə bir ara 400 hektarı ilə görüşdük. 400 hektarı ilə görüşdük və 400 hektarı o zaman dedi ki, yox siz zamanlar gənclər gərək gələsiniz, öz təşkilatlarınızda olasınız, filan eləyəsiniz. Və təbii ki, bizim də demək ki, ürəyimizdə idi. Ancaq bizim ikimizə məmuriyyət verdi ki, yox, siz elə orada da qalın, gəlin burada. Yəni bir növ demək olar ki, mənim orada nə edin, mənim orada casusluğumu ediniz deyə. Baxın orada görürüz, nə geçir, nə geçmir, nə olur, nə olmur və gəlin. Və təbii ki, biz də bunu devam etdik. Amma az bir zaman devam etdik. Çox bir zaman değildi. Az bir zaman devam etdik və o zaman idi ki, daha doğrusu rəhmətlik 400 hektarı tutuldu. 400 hektarın tutulmasıyla demək ki, Azərbaycan Müstəqil Demokrat Firqəsi də artıq fəaliyyətini dayandırdı. Çünki bir karizmatizm Neçə aydan sonra şəxsiyyət. tutuldu? Neçə aydan sonra tutuldu? Hal-hazırda 400 hektarı rəhmətlik pik eləyirəm ki, 1980-ci ilin ortalarında tutuldu. Ki o zaman bizə xəbər verdilər ki, 400'ü tutdular. Yaz idi, yaz çağları idi ki, yadıma gələn. Sonra 400 hektarı rəhmətli 3 il yarım getdi zindana və ta zindandan çıxıb gəlincə demək olar ki, artıq o fəaliyyətini dayandırdı. Yəni partiya fəaliyyətini ya firqə fəaliyyətini dayandırdı və sonra da daha doğrusu daha çox mədəni fəaliyyətlərə, daha çox kültürel fəaliyyətlərə, dil özəlliklər dil üzərində, kilasların açılmasında filan da Behmanda bunları bilirsiniz özünüz. Və nəhayət bu idi ki, biz demək olar ki, ta o zamana qədər ki, mən Hizb-i Tuğdanın, yəni Azərbaycan Demokrat Firqəsinin belə deyək, dəftərin ofisini Təbrizin Gülüstan bağının yanında bir mülaymiş hamamı vardı. Onun düz karşısında bir iki kat bineydi ki oranı tutmuşlar. Oraya kadar vardım. Ondan sonra
demək olar ki, mən hizbdən tamamilə ayrıldım və öz fəaliyyətlərimə davam etdim. Öz fəaliyyətlərimin birisi bu idi ki, Təbrizdə biz gəldik, çalışdıq ki, demək eləyək. Mən o zaman deyim, həm dərs oxudum, həm işləyirdim. Həm işləyirdim, dərs oxudum və eyni zamanda da bu işçi fəaliyyətlərinə, sindika fəaliyyətlərinə daha çox özən göstərirdim, belə deyim. Və nəhayət biz bir neçə dostumuzla ki, bunlar Nəxtabi Firuzəndə çalışırdılar, işləyirdilər və başqa dostlar da başqa yerlərdə işləyirdilər. Mənə dedilər ki, bizim demək təavuni məskənimiz yoxdur. Yəni ev kollektiv şeylər yoxdur. Dedim, necə yoxdur? Siz necə olun? Dedi, yoxdur da, yoxdur. Dedik ki, nə eləyək, nə eləməyək, nə üçün? Dedik ki, bəs gəlin belə eləyək. Gəlin, daha doğrusu bir ittihadiyyə yaradaq və bu ittihadiyyənin nizamnaməsini, əsasnaməsini mən yazaram. Belədir. Yazaram, ancaq siz müstəqil olunuz. Yəni, heç bir yerə bağlı olmayız. Sonra gəldik demək ki, bu yarandı, mən bunu yazdım. Bunun şeyini oldu İttihadiyye-i Tavuniyye Məskəni Azərbaycan. İttihadiyye-i Tavuniyye Azərbaycan oldu. Və bu Azərbaycan sözünü də mən qoydum ora, artırdım onun üzünə. Sonra amfiteatr Traktusazıda, Trakturun amfiteatrında biz böyük bir toplantı, böyük bir qurultay keçirdik. O qurultayda 11 nəfər buna seçildi, üzvü seçildi. Bunların da birisi mən idim. Ancaq hamısı da demiyorlar ki, həm şeydən idilər, solcular idilər, mücahidlər idilər. Bir də bir neçə nəfər bizlər idik ki, müstəqil idik, ancaq milli idik. Və nəhayət bu idi ki, demək, Sipah hücum etdi. Hücum edəndən sonra artıq mən düşdüm yeraltı fəaliyyətlərinə və sonra qaçdım Tehrana. Və 5 ildən sonra Tehrandan dönüb gələndən sonra demək ki, Təbrizdə mən o zaman gördüm ki, Təbrizdə bir dənə bir dənə təşkilat açılıbdır. Azərbaycan İstiqlal Şurası adında. Azərbaycan İstiqlal Şurası adında. Və bir dostumuz var, ona da can sağlığı arz edirəm buradan. Mənə müraciət etdi. Təbii ki, o birinci mənlə onun görüşü idi. Mən ondan qabaq tanımırdım, biləsin, bilmirdim kimdir, nədir. Amma o, demək ki, rəhmətli 400 ehtabı zamanından məni tanırdı, bilirdi. Və mənə müraciət etdi, dedi ki, bəs sən belə bura olmuşsan, seçilmişsən. Dedim, mən heç bilmirəm nədir, nə deyil. Heç mən, düzün sözü mənim düşüncəm yoxdur. Nəhayət bu idi ki, orada olduq, bir illə yaxın orada olduq. Ondan sonra... Hangi il idi o Azərbaycan İstiqlal Şurasının təşkil? 1986-cı ildə. 1986, dəqiqən. Sonra demək ki, orada onun şeyindən, əsas üzvlərindən bir-iki nəfər soyuqluqda tutulurlar. Silah təlimatı ilə bağlı tutulurlar və o da beləliklə demək qapandı. Ondan sonra 1987-ci ildə biz dörd dostuyduk. Birisi elə həmin dostum idi ki, demək ki, öncə müraciət etmişdi biləmə. İkinci də bizim çox dəyərli şairlərimizdən birisi, o da rəhmətə gedibdi. Və bir də bir başqası, dörd dost idik ki, gəldik Azərbaycan Azadlıq Cəbhəsini yaratdıq. Azərbaycan Azadlıq Cəbhəsində iki dənə məramnamə yazıldı. Bir məramnamə İstiqlal məramnaməsi idi ki, mən yazdım. Qıssa əlbəttə, indiki formada yox. Qıssa, çünki savadımız da o qədər qədd etmirdi, vermirdi o zaman. Demək ki, bir də həmin o dostumuz var idi ki, bayaq adında xatırladım. Dedim ki, o dostumuz ilk dəfə olaraq məndən görüşüb, o yazdı. Onunki da daha doğrusu federal sistemi üzərində oldu. Biz gəldik, dedik ki, bəs biz bir-birimizlə elə dost qalaq, bir-birimizlə təşkil məsai eləyək. Sən mənə müşavir ol, mən sənə müşavir olum, belə dedik. Ancaq sən öz yoluna get, mən də öz yoluna gedim.
Yəni mən istiqlal yolunu tuturam, sən də federal yolunu get. Beləliklə biz çox yaxın dostlar olduq. Çox yaxın dostlar olduq. Və o qədər yaxın dost olduq ki, demək ki, mənim Təbrizdən 95-ci ildə çıxmamda onun böyük rolu oldu. Yəni bu qədər deyirəm ki, yaxın dostlar, ailə dostluğu. Ancaq o bir hərəkəti davam etdi, mən bir hərəkət davam etdim və nəhayət 1990-cı ildə Azərbaycan Güney Təşkilatı Təbrizdə yaranma ərəfəsində idi. Elə adı da belə idi, Azərbaycan Güney Təşkilatı. Biz yığışdıq, dağıldıq, yığışdıq. Bir 10 cələsə belə dostlarımızla söhbət elədik, danışdıq. Və nəhayət bu idi ki, demək ki, bunun adı çevrildi və Azərbaycan Qurtuluş Təşkilatı olacaq deyə. Azərbaycan Qurtuluş Təşkilatının demək ki, 92-ci ildə biz məramnaməsini hazırladıq və o məramnamənin redaktəsini rəhmətli Dördüz Ehtab və Həsən bəy Dəmirçi tapşırdılar mənə. Dedilər, sən bunu redakt elə. Çünki mən o zamanda çox da, demək ki, belə deyim, İnsaf Əli bəy, çox gənc ikən mən qardaşımın yardımı köməkliyi ilə türkcə öyrəndim. Türkcə öyrəndim yazmağa. Kirilcəni bilirdim, türkcəni, ondan sonra ərəb alfabetində yazırdım yavaş-yavaş, filan elirdim. Çox gənc ikən deyim də, məsələn 15-16 yaşında. Bunun da səbəbi bu idi ki, mənim qardaşım ilə Təbrizdə Şəms-i Təbrizi Şəms kitabxanası var idi. Yəqin bilirsiniz. Bəli. Məcid bəy. Demək ki, mənim qardaşımla çox yaxın dost idilər. Çox yaxın dost idilər. Və onlara Tehrandan o Prognoz var idi. Bir Gotemburg idi, Prognoz idi. Bu kitablar var. Bir də Əncüməni Dostiyə İran Şurəvi idi. Bunlardan demək olar ki, gəlirdi. Bakıda çap olmuş kitablar gəlirdi. Hətta farsçası gəlirdi, türkçəsi gəlirdi. Azərbaycanı Emruz, bir gün Azərbaycan yazıca gəlir yəqin ki. Demək ki, mən onlardan çox qıdalanırdım. Və qardaşım da mənə, sizə inandırıram ki, silli ilə öyrətdi biləmə. Yəni tam belə deyim, test zorla da öyrətdi biləmə. Və mən də bundan qaça bilmirdim, çünki qorxurdum biləsindən. Çox qorxurdum biləsindən. Amma nə gözəl ki, qorxdum biləsindən. Yəni, məni demək olar ki, bu yola salan insanların başında gəlirdi. Nəysə, 92-ci ildə biz bunu da elədik, məramnaməni yazdıq. Həmin məramnamə ki, bu günləri bizim məramnamənin özətidir. Yəni, o zaman demək ki, biz ilk dəfə olaraq İran adlanan qondarma və istemarı ölkə sözünü işlətdik. Və İran adlanan ölkədə elə oradan da gəldi. Və ilk dəfə olaraq sənədə yazıldı bu. Bəlkə bizdən qabaq inanmıram, amma bəlkə də ola bilmirəm. Yəni, %100 buna əmin deyirəm, amma %90 əminəm ki, orada birinci dəfə biz işlətdik. Və bunun da işlənməsində rəhmətli Dördüz Ehtabının çox böyük rolu var. Ki, bilirsiniz, Ateşin bir şeydi, nütqçi idi, Ateşin danışırdı. Elə danışırdı ki, adama anında təsir qoyurdu. Və elə sözlər deyildi ki, sən o sözləri ömründə eşitməmsən, birinci dəfə də eşidirsən. Elə bir tutumda danışırdı, elə bir şeydi. Ona görə də insana içdən təsir qoyurdu bu insan. Və nəhayət bu idi ki, 92-ci ildə mən və həmin o dostum ki, bu günləri Azərbaycanda yaşayır, bizim ikimizi məmur etdilər ki, gələk Bakıya və Bakıda bunu pres konferans getirdik. Və biz bunu Bakı getdik, orada çap elətmişdik, həm ərəb alfabetində idi, həm kirilcə idi, həm latincə idi. Gəldik və Bakıda Azadlıq meydanında 2 dənə hotel var idi. Birisi Abşeron idi, birisi Azərbaycan oteli idi. Bizə Azərbaycan otelində 606-607 demə verdilər, otlaq verdilər.
otaq verdilər biləmizə. O da rəhmətlik birbaşa Əbbəz Elçi bəyin tapşırığı ilə verildi biləmizə. Və biz gedirdik orada qalırdıq. Və biz çox dostlarımız vardılar, gəlirdilər orada qalırdılar. Yəni belə deyim ki, çox belə bizi gerçəkdən də o zaman çox böyük dəstək verdilər biləmizə. Hətta bunun demək ki, biz istəyirdik ki, eləyək, bunu çap eləyək, ancaq maşınımız yox idi. Və demək ki, yenə bunu demək zorundayam. Çünki vəfa borcumdur, gərək deyim bunu. Bəlkə də müsbət olmuyor, amma deməliyəm. O zaman Əbbəz Elçi bəyin tərəfindən bizə $2000 pul göndərildi. $2000 pul göndərildi və biz o $2000 getdik vəsait aldıq özümüzə. Getdik özümüzə maşın aldıq. Ən son sistem maşın aldıq. Hələ bilgisayar çıxmamışdı o zaman, yadsa gəlsə. Yəni var idi da bizdə yox idi. Yəni hələ yenməmişdi, əşyası biləyək ki, biz eləyə bilək, onu alaq. Demək ki, biz onunla geylədik, yazdıq və hər halükarda hazırladıq, getdik. Bakıda da 1992-ci ildə, 1992-ci ildə pres konferans keçdi. O pres konferansın keçirilməsində Allah rəhmət eləsin, bizim çox dəyərli insanımız Arif bəy Rəhimoğlu başçılıq etdi. Arif bəy Rəhimoğlu başçılıq etdi. Və demək ki, o da bizim üçün çox böyük xatirələrdən birisi idi. Təqribən demək olar 525-ci qazet gəldi, Yeni Müsavat gəldi. Ondan sonra yadıma gələn bir neçə qazetlər var idi, gəldilər. Elçi qazeti idi, gəldi. Yadıma gələnlər var idilər. Azadlıq qazetindən gəldilər o zaman. Və haradasa bir 10 nəfər, 12 nəfər də demək ki, qonaq gəldi biləmsə. Ki, mən o zamana qədər demək ki, belə deyim də, o gözəlliyi görməmişdim milli hərəkatımızda. Mən görməmişdim. Çünki mənim üçün çox böyük xatirə idilər ki, biz və nəhayət bu idi ki, demək ki, mən 95-ci ildə məcbur qaldım. Üçüncü dəfə tutulandan sonra məcbur qaldım, Təbrizdən çıxdım və hal-hazırda da İsveçliyəm. İsveçdə yaşayıram. 3 qızım var, 5 torunum var və Azər xanım bizim çox dəyərli, tanınmış milli şəxsiyyətimiz, milli etibarlı xanımlarımızdan birisi ilə eşimdir və onunla birlikdə yaşamağa davam edirəm. Fikirlərim çox uzun oldu, çox gözəl oldu. Sən istə. Bəli. Əslində biz 2-3 dənə suala cavab verdik. Çox da mənim nəzərimdə çox mühüm oldu. Buna görə ki, Azərbaycanın hizb tarixində taza bir şeylər eşitdik. Sizdən xüsusən 3-4 dənə partinin qurulmasına, hətta düşüncə səthində ya insanlar toplanıbdır. Bu çox önəmlidir. Bilməyimiz lazımdır. Çox sağ olun. İndi hizbin anlamı nədir? Siz üçün, yəni sizin təşkilat hizbi necür düşünür? Deyir, hizbi yan nə mənə? Yəni, hizbin bir neçə eyni fikrə, eyni düşüncəyə, eyni ideya və eyni ideolojiyaya bağlı olan insanların bir araya gəlməsi ilədir. 2-dən üstü olsun, 2-dən aşağı olmasın deyə. Bunun ümumiyyətlə anlamı hizbidir. Ancaq ən əsas məsələ budur ki, demək ki, bütün stratejiləri, siyasətləri, bütün demək ki, görəcək işləri hamısı bir ideya əsasında, bir vahid ideya əsasında olsun. Yəni, bir partiyaya da 2 ideya, 2 ülkü mümkün olmaz. Yəni, nədir məsələn? Bunu misal qırsaz, nədir ki, 2 idea ola bilməz? Yəni, nədir ola bilməz? Məsələn, bir partiyada deyim, liberal parti deyək. Yəni, klasik danışaq biraz. Liberal partida həm liberal olacaqsan, həm liberal kəsim olacaqdır, həm demək radikal kəsim olacaqdır. Mütləqa bu olmaz. Çünki 2 dənə fərqli ideolojiya var və 2 fərqli ideolojiya mütləqa bir çarpışmaya gedəcəklər. O çarpışma o partiyanı dağıdacaqdır. Tamam. Sadə xülasəsi budur. Tamam. Hizb və təşkilat zəruriyyəti nədir? Niyə məsələn bunu yaradırıq? Niyə bir hizbi yaradırsınız? Ya o zaman bu neçə dənə təşkilatı yaratmağa çalışmışsınız? Ya indi Kurtuluş Partisi
əgər adını düz desəm, Güney Bəli. Azərbaycan Qurtuluş Partisi. Bunun məsələn zərurəti nədir? Niyə yaratmısınız? Yani bir insanın yaşaması için onun ferdi ve aynı zamanda toplum dediğim ben tabii Buyurun, sözler buyurun. yüz istəyirəm. Xahiş edirəm. Mən demək ki, bunun əslində e, bir milletin, bir toplumun birey haklarının, toplum haklarının, ondan sonra demək ki, onun yaşamasının icabı təşkilatdır. Yani bir teşkilat olmasa insan sanki bedevi şeklinde yaşayır diye. Eğer bedevi insanla demək ki, mütərakkil ve mevcut olan çağdaş insanın arasında farkı bundan ibarətdir ki, çağdaş insan demək ki, özünün bağlarını, özünün həyatını, özünün yaşamını bir araya getirmek için, bir arada tutmaq için mütləqa birləşməsi gərəkir. Mütləqa birləşməsi gərəkir və bu təkcə daha doğrusu diyeyim bir camiye, bir topluma, iki topluma, üç topluma değil, ümumiyyətlə bəşəriyyətin gərəyidir ki, Eldar bəy, təşkilatlansın. çok üzr istəyirəm. Eldar bəy, mən bu sözü dostlar da bunu deyirlər. Yəni çox eşidirəm bunu. Amma mən tarixə baxanda deyirəm ki, məsələn Türklər durublar bir qrup, məsələn Qəznəvilər, məsələn Səlcuqlar. Bunlar türklük əsasında birləşiblər. Bir dənə liderləri olubdur. Bu liderin kölgəsində gəliblər imperatorluq qurublar. Ya məsələn Səfəvilərə baxsaq, Ərdəbildə Səfəvilərin ailəsinin bir ideolojisi əsasında, bir zərurət əsasında dövlət qurmaq zərurətidir orada. Türklərin dövləti olsun, Səfəvilərin ya Şiələrin deyək beləsi. Əlbəttə o zaman Şiə də deyirlər, əlbəttə sonra Şiə olurlar. Amma gəlir yavaş-yavaş dövlət qurur. Məncə elə yəni məsələn Avropada da belə görürəm. 27-28 məmləkət var. Əgər səhv eləmirsəm, hamısı ki məmləkətdilər, hərəsi də bir millətdir. Əksəriyyətdə bir millətdən ibarətdirlər. Elə onun da məsələn neçə dənə hizbi var. Yəni mənim nəzərimə gəlir ki, elə bir məsələn İranda qovum dedikləri bir şeyin hərəsi özü bir lideri olsaydı, onlar da hizb, yəni hizb işi görərdi. Xan məsələn Qacar dövründə İran məmaliki məhrusədir. Bugünkü İrancı deyirlər ha. Bu o zaman məmaliki məhrusəyi Qacardır və hər məmləkətin özünün neçə dənə lideri var. Cəlibdir, mən bunu ən son şeydə gördüm. Ərəb məmləkətlərində Ərəb məmləkətlərində cəlibdir. Hər qəbilənin başına bir hakim deyirlər. Məsələn, İmarat-ı Müttəhidəyi Ərəbi əslində bir neçə dənə əmirdən ibarətdir. Yəni, qəbilələrin başları hizb kimi oyun oynurlar. Gəlirlər, hakimiyyətdə də şərikdirlər. Milli hakimiyyət qruplar orada da şərikdirlər. Yəni, imaratların cəmi. Bunu mən belə baxanda deyirəm ki, təşkilatlı qədimdən təşkilatdır. Quranda da bir şey müsəlmanlara, məsələn, hizb deyir, nə bilim, filancasına hizb deyir. Cəlibdir, bunlar mənə biraz bu modern Avropa mehbərli tarixdir da. Bu, məncə, hər şeyi otur ediblər. Əlbəttə, buyurun, sizin nəzərinizi düşünək. Bilirsiniz, bunlar bir ki, Təbrizdən əl çəkmirlər, ha? ailə məsələsi olduğuna görə, bəlkə də bilmirlər ki, mən indi yazdım onlara ki, mən sizə telefon açacağam. Tamam. Çünki mən mən mobillə danışdığıma görə məcburam ki, onlara belə deyəm. Bildim, tamam. Demək ki, Səfəli bəy, biz əgər tarixin ədvarını, ya tarixin dönəmlərini nəzərdə alsaq, əlbəttə ki, təşkilatçılıq və partiyaçılıq modern bir sistemdir. Yəni, deyək ki, bunun hardasa modern dedi, 19-cu əsrdən özəlliklə bu məsələ ilə bağlı daha çox ciddi addımlar atılır. Yəni, biz ümumiyyətlə, siz bayaq işarə etdiniz, bir məsələn, ərəbin başında duran, ərəbin başında əşirətçilik dediyimiz özü bir təşkilatdır. Əşirətçilik dediyimiz, demək ki, otomatik olaraq öz ailəsindən gəlmiş, öz geniş çevrəsindən, ətrafından gəlmiş bir təşkilatçılıq əsasıdır. İndi bu təşkilatçılıq modern təşkilatdır mı? Deyil, yox. Modern təşkilat deyil, geçmişə dayalı bir təşkilatdır. Ya məsələn təsəvvür edin ki, bizim feodalizm zamanında, feodalizm xanlarımız vardı. Xanlarımızın
Hər ətrafında çevrəsində tüvətçiləri vardı, müşavirləri vardı, istişare edənləri vardı. Yəni daha doğrusu özünün böyük bir hərəkət, böyük bir təşkilatı vardı. O da təşkilatdır. Təşkilat dediyimiz bu deyil ki, biz bu günlərdə bu təşkilatı bugünkü durumundan, vəziyyətindən xilas edib və bunda da nöqtəni qoyaq. Yox. Geçmişdən indiyənə qədər hər zaman təşkilat sistemləri olubdur. Ancaq bu təşkilat sistemləri öz dönəmlərinə aid olan təşkilatlar olublar. Bugünkü təşkilatımız təbii ki, istər-istəməz daha formalaşıb, daha modernləşibdir. Və biz bu modernləşmənin harasında demək ki, bunu tərif edirik? Bu özü məsələdir. Biz ümumiyyətlə Azərbaycan türkləri olaraq bu təşkilatlanma sisteminin harasında yox. Baxın, bizim demək ki, hər halükarda bu əlbəttə ki, haşiyə gedəcəkdir məsələ. Ancaq xülasə deyim ki, ümumiyyətlə təşkilatçılıq əsasları, modern təşkilatçılıq əsasları bu günləri Azərbaycan türkləri üçün su kimi, hava kimi lazımdır. Əgər biz bundan hər bir bahanə ilə vazgeçmiş olaq, mütləqa demək ki, bizi darmadağın etməyə çalışan, bizim həyatımızı söndürən təşkilatçıların arxına tökülür. Çünki bizi bu günəcən bu duruma, vəziyyətə salan təşkilatçılıq oldu. Baxın, siz hesablayız, biz Firuğu bilirsiniz ki, Rıza Şahın sol əli olubdur. Mütəfəkkir olubdur. Doğru mu? Ya o elə bir təşkilat formalaşdırır. O təşkilatı 5 nəfərdən ibarət formalaşdırır. Və o 5 nəfərin 3 nəfərini Azərbaycanlılardan seçir. Azərbaycan türklərindən seçir. O təşkilatdır da, o təşkilata demək ki, bir məmuriyyət verir. O məmuriyyət budur ki, demək ki, sistemi şahənşahi İranın anayasasını yazsınlar. Onların biri kimdir? Onların biri Məhəmməd Təqizadə. Mirzə Həsən Təqizadə. Bax, təsəvvür edirsiniz, bu adamlar hamısı ümumiyyətlə təşkilat əsasında gəliblər. Və zamanında görürsünüz, bir sənə keçəndən sonra, bu işlərdən keçəndən sonra bəlli olur ki, demək ki, Təqizadə bir formasyondur. Formasyon kimdir? Formasyon dünyanın ən nəhəng təşkilatlarından birisi sayılır. Yəni bizi bu duruma, bizi bu vəziyyətə salan təşkilatçılar olublar. Biz də bunun qabağında qarşısında təşkilatsızlıq edərsək, mütləqa Çox gözəl. Aradan gedər. Zərurət budur ki, bizim qarşımızdakı düşmən dediyimiz ya rəqib dediyimizlər mütəşəkkildirlər. Təşkilatları vardı. Bizim təşkilatımız olmasa gedər, yıxılırıq. Necə ki, deyəcən yıxılmışıq. Hizb və təşkilatın amacı nədir? İndi o zərurətin bildik. Qabağımızda bir nəhəng bir güc var. Onunla qarşılaşmağımız üçün məcburuq ki, təşkilatlanıq. Bu doğru. İndi amacımız nədir? Yəni bizim amacımız nədir? Bizim amacımız əslində bir millət olaraq, Azərbaycan türk milləti olaraq bir amacımız var. Bir də vardı, təbii ki, məsələn deyirəm, Azərbaycanlı yox. İstəyirik ki, təşkilatımız olsun, istəyirik ki, bu məsələdə çalışaq, əziyyət çəkək, fərq etməyəcək. Hamısının bir hədəfi vardır. O hədəf budur ki, o güc ki, o qüdrət ki, əldən veribdir, onu ələ gətirsin. Yəni, o güc ki, əldən verilibdir, o ələ gəlməlidir. Hansı qiymətlə olursa olsun, hansı qiymətlə, o ələ gəlməlidir. İndi, bu hansı qiymətlə deyəndə, bəziləri bunu mütləq götürürlər, İnsaf Əli bəy. Deyirlər, bu mütləq dedi, bu faşistdir, ha? Bu deyir, bu bunu dedi, faşistdir. Yəni nə? Yəni, bu demək, anarşistlərin sözünü danışdı. Bu adam hansı qiymətlə olursa olsun deyə. Hansı qiymət? Birisi də var ki, yox. Məsələni ümumiyyətlə götürəndə nisbi şəkildə götürür. Nisbi demək ki, hərəkətlər əsasında hansı şəkildə olursa olsun. Bu, əldən verilmiş, bu demək ki, səndən alınmış haqları, hüquqları əldə etmək üçün
gücü əldə etmək üçün sən təşkilatlanmalısan. Hansı niyyətlə olursa olsun, o niyyət sonrana gələcək Doğru, danışacaq. Təbii ki, doğru. hələ yavaş gedir. Var Mən olun, istəyirəm var olun. ki, çox xilasa gedək. Gözəl İstəyirəm gedirsiniz. ki, Gözəl gedirsiniz. Var olun, insanlar var olun. Var olun. İndi indi istiyoruz deyək ki, millət təşkilatlanın. Ya təşkilatlara üzv olun, ya təşkilat qurun. Elə içəridə dəyişiklik edin. Məsələn, Təbrizdə, Ərdəbildə, Zəncanda, Tehranda, Sabədə, Simyanda, Qəzvində, Həmədanda, Ərakda adamlar istəyirlər, Tehranda istəyirlər ki, təşkilatlansınlar. Hər nə cürə iş təşkilatı ola bilər, sendika ola bilər, əncümən ola bilər, hizb ola bilər, NGO ola bilər, vərziş ola bilər, dağa getsinlər, millətçilik ola bilər, kitab oxumaq ola bilər. Amma necə təşkilatlanmaq? Təşkilatlanmağa bir misal verin ki, nə cür təşkilatlana bilərlər? Yəni hər təşkilatın özünə görə bir qaydalar var, bir qanunlar vardır. Məsəla mən icazə versiniz elə öz Buyurun. təcrübəmdən deyim. Təcrübəm deyim ki, daha məlum olsun, daha şey olmayaq, çox belə necə deyim, formalitə o təriflərə keçməyək ki, hər kəs də bunu azdan çoxdan bilir. Bəli. Ancaq bizim demək ki, təcrübəmiz bundan ibarətdir. Azərbaycan Qurtuluş Təşkilatının formalaşması Təbrizdə ilk öncə Təbrizdə bir mərkəziyyət quruldu. Sonra o mərkəziyyəti biz dərhal demək ki, tərbiyyət etdik Ərdəbildən, Urmudan, Zəngandan, hətta Tehrandan dostlarımızı tərbiyyət etdik və təbii ki, bir karizmatizm bir şey var idi, şəxsiyyət var idi. O karizmatizm şəxsiyyət adı gəlincə demək ki, bir çoxları ona rağib idilər, gəlirdilər. Mən deyildim. O demək ki, bu ümumiyyətlə ikinci bu idi ki, bizim gəncliyimiz orada özləri çox gözəl yollar tapdılar. Biz məsələn məsələyə klassik baxırdıq İnsaf Əli bəy. Deyirdik ki, üçlükdən, beşlikdən belə, üçlükdür, beşlikdir, komitələrdir, bu cür geçsin qabağa. Amma bizim gəncliyimiz çox gözəl bir milli formu tapdılar. O milli formu bu idi. Getdilər, demək ki, Səttarxan komitəsi yaratdılar. Getdilər, Bağırxan komitəsi yaratdılar. Getdilər, Hüseyn Bağırxan komitəsi yaratdılar. Getdilər, Yeniçeyi komitəsi yaratdılar. Bilirsiniz, hətta Xiyabanı komitəsi də var idi. Bilirsiniz, bunlar demək ki, bizim düşündüyümüz kimi düşünmədilər. Biz onlara dedik ki, klasik düşünək. Amma onlar bizə dedilər, yox, modern düşünüz və milli düşünüz. Və milli. Həm beləliklə, demək ki, insanımızın o mentalitindən, o içindən, o duygusundan tamamilə istifadə etdilər. Məsələn, Səttarxan duygusu, bunlara bir zirəhlik, bunlara bir mərdanəlik, bunlara bir yiğitlik gətirirdi. Və onun komitəsi çalışırdı ki, onun tayı olsun. Bilirsiniz, ya məsələn, Xiyabanı komitəsi çalışırdı ki, onun tayı olsun. Beləliklə, bunlar getdilər orada, hətta özləri üçlük, beşlikləri yaratdılar. Amma o üçlük, beşlikləri biz çox bilmədik kimlərdilər. Heç bilmədik kimlərdilər. Çünki bizə dedilər açıqcası, ehtiyacı yoxdur, siz biləsiniz ki. Siz bizi bilirsiniz, biz onları bilirik, biz onları sabahları və oldu da, mən 1995-ci ildə mən zindanda, Təbrizin İtilai zindanında olarkən, demək ki, məni çox sıxlaşdırdılar, hər tərəfli sıxlaşdırdılar və inan ki, əgər bilsəydim sınacaq, olmaya heç bilmirdim. İnsaf Əli bəy, heç bir şey bilmirdim. Yəni, əşar qatımızı heç bilmədim. Çünki niyə? Onlar istəmədilər buna. Və bizə gətirdilər yeni bir sistem qoydular oraya. Ki, məcbur deyilsiniz siz bizi. Siz bizi inandınız, bizi seçdiniz, sağ olasınız. Biz də sizi inanırıq və siz icazə verin, biz öz yolumuzu gedək və bu yolundan gedək. Yəni, təşkilatçılıq əsasları fərqlidir. Gizli hərəkat qurdular ki, orada heç kəs çox tanımasın. Gizli tamamilə. Məsələn, bu günləri bizim Güney Azərbaycan Milli Qurtuluş Partiyasında içəridə olan fəaliyyətlərimiz tamamilə gizlidir. Azərbaycanda olan fəaliyyətlərimiz ancaq üstə bəlli şəxslər bilinir, onun altında bizim xəbərimiz yoxdur. Kimlərdilər, nədirlər.
xəbərimiz yoxdur. Çünki bilirsiniz belə bir şeydir. Bax, İnsan bəli, demokrasiyalarda insan öz o keyfiyyətini, öz kəmiyyətini və öz da demək ki, o sınırını bilməlidir. O sınırı bilməyən insan demokrasiyalarda nə fəaliyyət göstərə bilər, nə boy ata bilər. Məsələ budur ki, bizə belə öyrətdilər və biz də belə öyrəndik və biz də belə öyrədik ki, hər kəs öz nisbiyyətini bilməlidir təşkilatda. Əgər təşkilatda öz nisbiyyətini bilərsə, o təşkilat 1000 dəfə də tutularsa, 1000 dəfə də basılarsa, yenidən qalxar. Yenidən qalxar və bunu qalxızmaq çətin deyil. Amma əgər bir insan gəlib bütün təşkilatın hamısını bilərsə, o insan getdi də o təşkilat getdi də alındı. Biz ümumiyyətlə buna qailuq ki, gizlilik, amma modern gizlilik. Nə klasik gizlilik. Gözəl. İndi bunu da zamanla açarıq sonralar. Tamam. Büyüyüz. Sizin təşkilat necə quruldu? Əlbəttə bunları işarə elədiniz. Necə quruldu? Yəni bu son zamanlarda da İsveç'te olan Son zamanlarda qurulmayıbdı. Elə qurtuluş vardı. Əvvəl bir gündən, yəni 92-ci ildə qurulduğu həman əsasnamə, nizamnamə ilə fəaliyyət göstərdi. Sonra demək ki, mən çıxandan sonra ki, 1997-ci ildə bütün Azərbaycan Birliyini Əvvəz Elçibəy yaratdı və mən də onun müavini oldum. Demək ki, o zamandan mən bir sənə uzaqlaşdım fəaliyyətdən. Yəni qurtuluşdan uzaqlaşdım. Çünki orada da, burada da mümkün olmurdu. Və dostlarımızın məsləhəti ilə mən gəldim, fəqət bütün Azərbaycan Birliyində fəaliyyət göstərdim. Çünki orada məsuliyyətim çox böyük idi. Mən ilk demək ki, Əvvəz Elçibəyin seçdiyi müavin oldum və təşkilat müavini seçdi məni. 6 ay tək başına təşkilatın müavinliyini etdim. Sonra müavinlər sisteminə ki girdi, bütün Azərbaycan Birliyi, mən oldum Güney üzrə müavin. Və Güney üzrə müavin olduğumda yenə məsuliyyətim çox idi. Çox böyük məsuliyyətim var idi. Yenə. Yəni Güney Azərbaycandan hər kim gəlirdi, Əvvəz Elçibəy ilə görüşməli idi, mənlə əvvəl görüşməli idi. Mən demək ki, onu aparmalı idim, görüşdürməli idim. Ondan sonra, yəni bu bahis oldu ki, mən bir sənə ara açdım. İkinci bu idi ki, 1999-cu ildə biz Bakıda bir dənə qurultay keçirdik. Və qurultayda Azərbaycan Azərbaycan Qurtuluş Təşkilatını demək ki, Azərbaycan Qurtuluş Partiyasına çevirdik. Partiya çevrildi. O partiyaya çevrilməkdə Təbrizdə olan bizim yönetim, Təbrizdə olan bizim mərkəziyyətimiz ki vardı, demək ki, mənə haqlı olaraq çox qızdılar. Haqlı olaraq çox qızdılar mənə. Ki, sən özbaşınalıq elədin burada. Və doğru da, düz də deyirlər, mən özbaşınalıq elədim. Və demək ki, mən də özümü tənbih eləyim deyə istifamı verdim, çəkildim kənara. Ta 2021-ci ildə ki, yenidən mənə müraciət etdilər ki, yox, dön gəl yerimə. Artıq lazım deyil qalasını işlə, bir eləyəsin. Yəni, bizim hər zaman qurtuluş var. Qurtuluş heç bir zaman... Qurtuluşun şeyi nədir? İstəyi nədir? İstiqlaldır, federaldır, nədir? Nədir istəyirsiniz? Tabii adımızdan bəllidir. Adımızdan bəllidir. Biz əlbəttə ki, demək ki, hardasa bizim həm ilkələrimiz, həm ülkümüz, həm dövlət proqramımız, həm də düzüyümüz yazılı şəkildə çoxdan da vardı və sizə də göndərdim. Və onun yeni redaktör olmuşu da fikirlərim 2 il bundan qabaq redaktör olunubdur. Belə düşünürəm. Biz orada da bütün demək ki, bu şeylərimizdə, hamısında, bu 4 əsas məsələmizdə, yəni ilkələrimizdə istiqlaliyyət, ülkələrimizdə istiqlaliyyət, düzüyümüzdə istiqlaliyyət və demək ki, dövlət proqramımızda Güney Azərbaycan Türk Cümhuriyyəti əsasları üzərində. Biz hər zaman istiqlalçı olmuşuq. Hər zaman. Niyə istiqlalçı? Niyə istiqlalçı? Çünki biz bir millətik ki, istiqlaliyyətimizi əldən vermişik.
Biz bir millətik ki, işğal altına geçmişik. Biz bir millətik ki, mənəvi, maddi demək olar ki, e, Türk Qacar hakimiyyətinin aradan getməsiyle ki, burada ən böyük etken ölkələr Rusiya və İngiltərə olubdu. Bunun vasitəsilə bizim milli mənliyimiz, milli varlığımız tamamilə aradan gedibdir. Və biz ümumiyyətlə işğal olunmuş bir ölkəyə çevrilmişik. Və bu işğal olunmuş ölkəmizi nəcat vermək üçün, yenidən bərpa etmək üçün, yenidən millətimizə qazandırmaq üçün biz ona görə istiqlalçıyıq. Yəni istiqlal bir demək ki, bizim bugünkü gələcəyə bağlı olan bir ülkümüz deyil. Bizim geçmişdən əldən verdiyimiz və gələcəyə onu körpə eləyən bir bağımızdır. Ona görə istiqlaliyyət bizim üçün tariximizdən gəlmiş bir kimlik və tariximizdən gəlmiş bir varlığımızdır. Biz hər zaman Türklər olaraq istiqlaliyyətlə müstəqil olaraq yaşamışıq. Hər zaman olaraq tarix boyu. Siz İndi də bundan sonra işarə buyurdunuz ki, işğal olunmuş bir məmləkətik. Acaba işğal fəqət torpaqlarımız işğal olubdu, yoxsa beynimiz də işğal olub, düşüncəmiz də işğal olub, yolumuz da işğal olub, torpaqlarımız işğal olub, adlarımız işğal olub, tariximiz işğal olub, hara işğal olubdu? baxın, biz hər şeydən öncə tarixin ən demək ki, ağır zülmlərinə məruz qalan bir millət olmuşuq. Demirəm məzlum millət olmuşuq. Yox. Böyük millətlər də, böyük dövlətlər də məzlum varlığı olublar. Elə deyil ki, məsələn deyək. Yəni 5-3-5 demək ki, güc, qüvvə, qudrət birləşərsə, mütləqa birinin üstünə keçərsə, onu nə eləyəcəkdir? Məzlum eləyəcəkdir. Biz hesablayırıq ki, 1805-ci ildə Kürəkçal anlaşması ilə bir yıxılmışıq. Kürəkçal anlaşması ilə yıxılmışıq 1805-ci ildə. Biz demək olar ki, 1813-cü ildə Gülüstan çay müqaviləsi ilə yıxılmışıq. Biz 1828-ci ildə Türkmençay anlaşması ilə yıxılmışıq. Yıxıla gəlmişik. Və bu yıxıla gəldiyimizin də ən başlı səbəblərindən birisi bu olub ki, düşmən bizim fikrimizi, düşüncəmizi və qafamızı oğrayıbdır. Birinci nə? Birinci bu ki, sən demək ki, hər qopuq olduğun halətdə də sən güclüsən. Məsələn, xanlıqlarımıza siz diqqət edirsiniz. Mən dedim 1905-ci Kürəkçal anlaşması. Bu Kürəkçal anlaşması Qazarla olmayıb ki, anlaşılmayıb ki. Bəlkə Azərbaycanın başqa xanlıqları ilə birlikdə imperiya vasitəsilə, yəni Rus imperiyası gəlib də oturubdur Kürəkçal çayda. Orada özünə böyük bir demək ki, dövlət yarandıbdır və demək ki, orada o Siminov vasitəsilə gəlib və orada özünə güc, qudrət ordusu olubdur. O ordu vasitəsilə ilk öncə gəlib daha doğrusu Gəncə xanlığını darmadağın edibdir. Ailəsinə qədər qətliam edibdir. Çünki ən qabağında ən çox dayanan o olubdur. İkinci bu idi ki, gəlibdir Qarabağ xanlığını. Qarabağ xanlığına elan edib ki, sən özün burada müstəqil bir ölkəsən. Sən niyə gərək gələsən Qacarlara demək, boyun əyəsən? Sənin ehtiyacın yox olaraq. Mən sənə yardım edəcəm. Və mənim kimin güc, qudrət sənin arxandadır. Birinci gəlib onu təhliyibdir və qafiyədən çıxardıb. İkinci gəlib çıxır demək ki, xanlığını təhliydə sən ən böyük xanlıqsan burada deyə. Səni biz Çukursəd, bugünkü Ermənistan. Çukursəd. Naxçıvanda. Demək ki, gəlibdir, sən buranın ən güclü, ən qudrətlisisən filan Beyman, onu ayrı çəkibdir. Və sonra gəlibdir, Şəki Şirvanı çəkibdir, demək, o tərəfdən. Və ondan sonra bu xanlıqları bir-birinə savaşdırıbdır. Savaşdırandan sonra ki, bunları tamamilə demək ki, zəiflədibdir. Bunların hər birisini bir ustan kimin özünə bağlayıbdır, vabəstə eləyibdir. Bax, Kürəkçalı biz bilmirik.
Bizim biz gənclərimiz, çox gəncimiz bilmirlər. Amma bu bizim demək ki, faciələrimizə yol açan ən böyük e, şey olubdur. Çar imperiyası cəhd olubdur. Və bununla da açıbdır sonralar çox rahatcasına gəlibdir Gürcistan müqaviləsində. Niyə Gürcistan müqaviləsi rahatdır biləsinə? Ondan ötürü ki, Gürcistan müqaviləsində, Gürcistan savaşında, demək Gürcistan müqaviləsinə müncər olan, daha doğrusu belə deyək ki, 11-ci, 13-cü illərdəki savaş etibarilə Qacar hakimiyyəti tamamilə təkdir. Yəni şeydən Araz çayının o tərəfində heç bir xanlıq, heç bir demək olar ki, necə deyim, Azərbaycan Türkçü bununla birlikdə deyil. Bununla birlikdə deyil. Bəlkə imperiya ilə, yəni çarizmlə birlikdədirlər. Bilirsiniz, ona görə çox rahatdır. Ona görə deyirəm ki, bu 2 illik savaşda çox rahatcasına Gürcistanı və ondan sonra daha doğrusu çox rahatcasına nədir? Bu Hocam bunun Türkmençay adını buyurdunuz ki, Kürəkçay anlaşması düzdür? doğru. Ben bunu eşitmemiştim. Siz bunu buyura benim zihnim getdi. Osmanlını necə tikə elədilər. Gördüm ki, Rusiya ilə İngiliz eyni siyasət aparıblar. Eyni o cürsü. Bu get bunu bu xanın qoltuğuna qarpız ver, onun biraz silah ver buna, biraz pul ver buna, falan ver və o cürsü Osmanlını o cür yıxıblar. Elə Azərbaycan da o cürsü yıxılıblar. Və bizlər Çox ne doğru. kadar bizim siyasi adamlarımızın görüşü kiçiymiş. Yani bizim bugünlerde çok təəssüflə bir çox əlbəttə mən hamısına sonsuz saygım var, daha yok değil. Ama bilirsiniz çalışmırlar. Bizim millətimizə gerçəkləri doğru düzgün ortaya koymak lazımdır. Bizim gəncliyimiz buna ihtiyacı vardı. Gəncliyimizin buna ihtiyacı var. Gəncliyimizi öz tarixindən məhrum etmək, gələcəkdən məhrum etməkdir. İnsaf Ali bəy, Budur ki, mən əslində ödüyünü bilmirdim. Yəni, mən hələ bir gənci də deyiləm. Mən biraz yaşlıyam. Üst-üstə 59-60 yaşa keçirəm. Amma bunu bilməyən adam vətənin tarixi nə cür bölünübdür, nə cür bölünüb. kuzeyində də çox işlənməyib. Azərbaycanın kuzeyində də çox işlənməyib bu. Bu tarixlər Azərbaycanın kuzeyində də yeni gəlir ərsəyə, yeni gəlir. Bax, məsələ budur ki, bizi məhrum ediblər gerçəkdən də. Qoymaz ki, hakim, iştirakçı qoymaz ki, biləsən tarixini. Oradan Yəni, beynimiz yuyulubdur da, oradan düşüncəmiz yuyulubdur. Onlar Rusça olublar, biz İrançı olmuşuq. Türkiyədə də hamı şeyçidir, nə deyirlər, İngilisçidir, Fransızcıdır, Almancıdır, Amerikaçıdır. Mütəəssifانə. 1825-ci, 1828-ci illər arasında 3 illik savaşımız olub bizim. Bu 3 illik savaş hətta Gürcistan savaşından daha rahat olub Ruslar üçün. Daha rahat olub Ruslar üçün. Bilirsiniz niyə? Çünki bu savaşlardan öncə Ruslar gəldilər, bir plan tökdülər. O plan əsasında Qacar hakimiyyəti ilə Osmanlı hakimiyyəti bir-birinə düşdülər. Bir-birinə düşdülər və böyük bir savaşa əl vurdular. O savaşın nəticəsi etibarilə demək ki, iki Türk dövlətini bir-biri ilə vurdurdu, iki Türk dövlətini bir-biri ilə qırdırdı və çox rahatcasına gəldi. Üçüncü anlaşmanı da ortaya qoydu. Baxın, 1829-cu ildə, 1828-ci ildə iki böyük anlaşma müqavilə vardı bölgəmizdə. Birisi Türkmençay müqaviləsidir, birisi demək ki, Qars-Erzurum müqaviləsi. Hər ikisində də Ruslar Türk dövlətlərini tam boğazlarına qədər sıxır və əlində saxlayır. Hətta o qədər ki, demək ki, İstanbulun boğazını istəyir. İstanbulun boğazını istəyir. Ki, bura mənim olmalıdır. O qədər. Və Osmanlı da hazır olur. Osmanlı da hazır olur. Sonra ermənilərin demək olar ki, gəlib Qarabağdan gəlib Naxçıvanda və o bölgələrdə, məntəqələrdə bugünkü İrəvan və İrəvanın ətrafında çevrəsində bu qədər erməninin toplu şəkildə
gəlməsinə iki anlaşma ilə həyat verir. Birisi demək Erzurum Qarsı anlaşmasıdır ki orada və ikinci Türkmen anlaşmasında. Hər ikisinin də 5-ci bəndində belə gəlir ki Tezar imperiyası demək ki hər zaman iradə eləsə Erməniləri iki bölgədən çəkib gətirəcəkdir, Azərbaycanda yerləşdirəcəkdir. İnsaf Əli bəy. Bunlar bizim tariximizdir, çox təəssüflə. Çox acı vericidir, elə deyilmi? Çox acı verici. Amma bizi bu günə salan, bu vəziyyətə salan bizi keçmişimizdən gələn bu gərsəkliklərdir, bu acılar. Biz bu acılarımızı həzm elədikcə milliləşirik. Bu acılarımızı həzm elədikcə düşmənlərimizi yaxşı bilirik, yaxşı tanıyırıq. Mən demirəm bu dünyada hamı bizlə düşməndir, yox. Biz sülh tələb millətik. Biz hər yerdə sülh, hər yerdə barış istərik. Amma bizi istəməyənlər də bir çoxlar vardılar. Onları da düşünməyimiz, anlamamız lazım. Mən üz istəyirəm. Xeyr. Təşkilatınızın prensipləri hansılardır? Sizin təşkilatın prensipləri hansılardır? Təşkilatımızın hansı prinsipləri? İlkələri, yəni prinsip dediyimiz ilkələr olur. İlkələrimizdə əslində çox demək ki, istiqlaliyyətimizin, ondan sonra insan haqlarımızın, toplumumuzun təsanüdçülük haqlarının əldə edilməsi, ondan sonra daha doğrusu çağdaş, laik və sekular bir sistem əldə edilməsi və təbii ki, bunların hamısının əsaslarında istiqlaliyyət dayanır, bağımsızlıq dayanır. Və bu istiqlaliyyət olmayınca gəlib də fərd haqlarından danışmaq, ondan sonra başqalarından danışmaq əbəsdir. Yəni, bizim ümumiyyətlə bir tabloda desək, tablo budur. Bu saydıqlarımın hamısı ki vardır, bu saydıqlarımın hamısı insana sayğı, insana demək ki, sayğınlıq, ondan sonra topluma sayğınlıq, işə sayğınlıq, qadına sayğınlıq, ondan sonra daha doğrusu uşaq dünyasının sayğılı metoda gətirməsi. Ya bunların hamısının başında ancaq bir əsas dayanır. O əsas budur. Müstəqil düşüncə, birinci, bütöv düşüncə, müstəqil düşüncə, bütöv düşüncə. O müstəqil düşüncədən, bütöv düşüncədən pöhrələnən müstəqil toplum və istiqlaliyyət, bağımsızlıq və dövlət olma arzuları. Bu günlər əgər bizim Təbrizimizdə, Urmumuzda, Ərdəbilimizdə, bütün güneyimizdə, bütün demək ki, İran adlanan ölkənin ətrafında, çevrəsində yaşayan millətimizin içində istiqlal, azadlıq, milli ədalət, milli hükümət deyilir. Bu istiqlal, ədalət, milli hükümət dediyimiz bizim ilkələrimizdir. Əgər belə desək, bir tablo üstündə tutsun. Təbii ki, bundan sonralar mən bilirəm ki, asacaqsınız. Sizin metodunuzunu bildiyim görə. İndi xilas edirəm ki, sonra qalsın içində. Çox sağ olun. Bir təşkilatı qurmaq üçün əsaslar ki lazımdır. İndi məsələn sizin təşkilat var, amma bir də adamlar mümkündür içəridə, Tehranda, Kərəsdə, filan yerdə istəyirlər təşkilat qurarlar. O əsaslar ki lazımdır bir təşkilat qurarlar nələrdir? Mən icazə verirsiniz bunu. Şirin qurtarır. Əziz və hörmətli dostlar, çox xoş gəlmişsiniz. Salamlarınızı, saygılarınızı görürəm. Bizim də salamlarımızı, saygılarımızı qəbul edeyim. Qonağımız Güney Azərbaycan Qurtuluş Partiyasının lideri Sayın və hörmətli Eldar bəy Qaradağlıdır. Qaradağlı cənabları çox bu günləri ilginc tarixdən, partilərin tarixindən, məsələn, mən deyirdim ki, Güney Azərbaycanda inqilabdan sonra bir Azərbaycançı bir təşkilat olmayıb. Bu gün gördük ki, mən yalan bilirmişəm. Bir çox məsələlər barmaq basırlar, çox ali, çox gözəl, sağ olsunlar, var olsunlar. Buyurun, cavab əgər o soru sorduğum zehninizdədirsə, yoxsa mən bir də soruşum. Bir də zəhmət olmasa, mümkün olsa. Bir təşkilatı qurmaq üçün hangi əsaslar lazımdır? Hansı əsaslar lazımdır? Bir təşkilatı qurmaq üçün əsaslar lazımdır ki, bizim meşruğumuzda yoxdur.
Yəni Azərbaycan təşkilatlarının, təəssüflə Güney Azərbaycan deyirəm, təşkilatlarının heç birində yoxdur. Hamımız bir-birimizdən bu əslində yoxsuluq. O da maliyyə məsələsi. Maliyyə məsələsi bizim boğazımızı sıxan gündəlik məsələlərdən birisidir. Sən dünyanın dəhri ol. Sən dünyanın demək ki, ən böyük Einsteini ol. Sən dünyanın ən demək olar ki, fikri düşüncəsi ol. Və o fikri düşüncə bazen o qədər geniş olsun, o qədər güclü olsun ki, dünyanı bir anın içində tərif eləyəsən. Amma bunu yola salacaq gücün olmasa, imkanın olmasa, sən yəni heç bir şey deyilsən deyə. Həmin o topa bənzər ki, topu düzəltdilər, amma nə mənədir, topun gülləsini düzəldəmədilər deyə. Yəni heç bir şey düzəltmədilər deyə. Ya bizim əslində bu başda gəlir. Amma nə edək? Nə edək İnsan Əli bəy? Nə etməliyik? Oturub düşünməliyik, oturub danışmalıyıq, oturub belə qüssə yeməliyik ki, eyvah, çünki bizim imkanımız yoxdur, maliyyəmiz yoxdur, biz hərəkət eləməyəcəyik. Yox, eləyəcəyik. Eləyəcəyik, çünki ondan daha böyük iradə vardı. Ondan daha böyük inam vardı. O iradə, o inamdır ki, demək bir təşkilatın necə yaranmasını, necə pöhrənib, necə güclənməsini ortaya qoyub. Ancaq bunun nəticə alıb almaması önəmli deyil ki. Önəmli budur ki, bu günləri siz varsınız, biz varıq, bu günləri biz oturmuşuq burada, əməli şəkildə bir-birimizlə müzakirə edirik. Siz təşkilatı məndən soruşursunuz, mən də onu cavab verirəm. Yəni bu demək ki, bir varlıqdır. Vardı. Bu var bu günləri əgər gözə gəlmirsə, sabahları mütləqa gözə gələcək. Çünki bu varın var oluşu bölgəmizi, ölkəmizi, dünyanı, evrəni dəyişəcək bir şeydir. Bir var oluşdur. Bu o qədər bir güclü var oluşdu ki, biz bu günləri gəlib də İnsaf Əli bəy, bu günləri gəlib bir balaca milləti, bir kiçik 2 milyonluq, 3 milyonluq bir millət təmsil etmir. Əlbəttə, Allah eləməsin, onları demək ki, saygısız da etmirəm ha. Yəni hər kəs özünə görə böyük saygın bir millətdir. Amma biz 50 milyonluq, 50 milyon üzərində bir millət, bir dövləti olmuş millət. Daimən öz dövləti ilə yaşamış bir millət biz. Bu günləri 100 ildir bizim güneyimiz belə bir halətə gəlib. Azərbaycanın bu günləri 75% işğal altındadır. 75. Bu da bir gerçək, bir vaqiyyətdir. Biz bu vaqiyyəti düşünərək ortaya gəlirik. Ona görə demək istəyirəm ki, baxın, birinci bayaq dediyim, bir daha təkrar eləyirəm, qısa, demək ki, eyni təfəkkürü, düşüncəni, fikri daşıyan insanlar. Eyni məqsədi, düşüncəni ortaya gətirəcək iradələr. Ortaya gətirəcək iradələr. Eyni iradəni yaşadacaq ülkülər. Onlar çox önəmli. Və bunları demək ki, bir araya gətirən ünsürlər, əlbəttə ki, başında yenə deyirəm ki, maliyyə başqa bir oyundur, başqa bir məsələdir. Bunlar bir təşkilatın yaranmasına, düzəlməsinə çox önəm özül daşlardılar. Çox önəmli özül daşlar. Sizin mənsub olduğunuz təşkilat, başqanı olduğunuz təşkilat idarə sistemi neçə mərhələlidir? İdarə sistemi neçə mərhələ? Yəni, bölümlərin bölüsüz da. Bəli. Bölümlər. Bizim ümumiyyətlə bu günləri Qurtuluş Partiyasının 10 bölümü vardı. 10 bölümü vardı. Mən icazənizlə bunu sizə... Məsələn, başqa bir lider var, onun altında bir şuradır, mərkəzi bir şeydir, onun altında komitələr, filanlar, bu tür bir şey. Yəni, sistem beləsi gedir də. Yəni sistem bəli, əlbəttə ki, hər şeyin başında qurultaydır. Hər şeyin başında qurultay. Qurultay olur. Qurultaysız nə başqanın, nə onun yardımçılarının, nə bölmələrinin heç anlamı yoxdur. Bir təşkilatın, bir hərəkatın demək ki, ana bətni qurultayından gəlir. O qurultay başda dayanır. O qurultaydan sonra yönetim qurulur ki, qurultayın vasitəsilə seçilir bir dönəmə qədər. O qurultayın, bu günləri bizdə qurultaydan seçilmiş bölmələr demək qadın eşitlik şeydir, insan haqları bölməsidir. Bu üçü birlikdə
bir bölmədir. Qadın, eşitlik, insan haqları. Hı hı. İkinci təşkilat bölümüdür. Təşkilat bölümü örgütlənmə və ya qurumsallıq bölümüdür. Yayım iletişim üçüncü bölümdür. Sonra informatik araştırma merkezi bu dördüncü bölümdür. Finans ekonomi bölümü vardır. Dil, kültür, tarih bölümü vardır. Ve siyasi bölümdür. Sonra uluslararası ile ilişkiler bölümüdür. Ve idman gənclik bölümüdür. Təhlükəsizlik üzrə özel bölümdür. İndi bunu siz benden soruşa bilərsiniz. Bu nədir? O bizlərin hamısını bildik. Bu nədir bəs? Bu nedir? Tamam. Nedir o? Bu nədir? Demək ki, bu bütün bölümlərin hamısına nizarət edəcək. Demokratik şəkildə bunların fəaliyyətlərini izləyəcək və bunların fəaliyyətlərində əgər hər birisində iki məsələ vardır. Bir, bu aksaklıqdır. O aksaklık heç. Aksaklık öz yerində. Amma bir var ki, demək ki, yox, başqa şeylər vardır. Məsələn, nələr vardır? Məsələn, başqalarını işləməklər var. Məsələn, onlarla münasibətləri vardır. Məsələn, yönətiminin xəbəri olmadan başqa işlər görmək, xəbəri olmadan. Bunların demək ki, özətçisidir. Bir də eyni zamanda Azərbaycanın güneyində, kuzeyində və Türkiyədə təşkilatlanma əsaslarını demək ki, daimən göz altında saxlayan bir bölümdür. Bu bölümün ümumiyyətlə genişlənməsi deyil, dar qalması çox önəmlidir və onun da başında əlbəttə ki, başkan dayanır, devri başkanı dayanır və bir-iki dənə də başqa bir təşkilatların demək ki. Teşekkür ederim. Bir də var. Buyurun. Bir de var bizde sözcü vardı. Sözcü vardı. Hı hı. Sözcü. Təşkilat sözcüsü Başkanın vardı. yanında, yani başkandan əlavə bir sözcü var. Başkandan əlavə sözcü vardı. Bəli. Başkandan əlavə sözcü var. Təşkilatın rəsmi sözcüsüdür. Başkan başkana tabidir. Amma təşkilatın demək ki, rəsmi sözcüsüdür. Bəli. Bir də bizdə demək bölgə nümayəndəliklər vardı. İndi bu bölgə nümayəndəliklərimizi inşallah bu ilin sonundan başlayacağıq qurmağa. Bölgə nümayəndələri nə deməkdir? Bütün hərəkətimiz, Qurtuluşun hərəkatı bu bölgə nümayəndəliklərinin üzərində qurulur. Yəni, məsələn deyim, Alman bölgə nümayəndəliyi başkanlığı. Məsələn, Fransa bölgə nümayəndəliyi başkanlığı. Məsələn, Amerika bölgə nümayəndəliyi başkanlığı, Kanada bölgə nümayəndəliyi başkanlığı. Orada olan demək ki, təşkilat başkanları başkan sayılırlar özləri. Başkan sayılırlar, bölgə başkanlığı sayılırlar. Bizim ümumiyyətlə təşkilatın, siz inşallah sonralarda zaman olaraq oxuyarsınız, daha çox bilgi əldə etmək üçün. Bizim ümumiyyətlə hərəkatımızın əsası bölgə başkanlıqları üzərində, bölgə nümayəndəlikləri üzərində qurulubdur. Bunu da demiş. Sizin təşkilatın mədrəsəsi, okulu, təlim sistemi var mı? Yəni, məsələn, bizim insanlarımız sizi tanısınlar, ideolojisi, siyasətinizi, yol xəritəsi, fəlsəfəsi, bunları tanısınlar. Bir yer vardı, oradan təlim verəsiniz? Hələlik, bax, biz indi bunu bizim demək ki, informatik araşdırma mərkəzimizin məsuliyyətindədir. Və orada məsuliyyətdə də yazılıbdır. Məsuliyyətlərində bölümdə demək ki, bu informatik və araşdırma mərkəzinin ən əsas şeylərindən birisi, başlıqlarından birisi demək okulların açılması, okulların qoyulması. Hal-hazırda biz öz içimizdə bu şeylər getiririk, həftəlik toplantılarımız olur, mürəttəb həftəlik toplantılarımız davam edir. Oralarda biz geçirdik, bir bölməmiz vardı ki, demək, o bölmələr əsasında biz bunu həyata getirdik. Amma bu bizim və sizin düşündüyünüz qədər güclü deyil. Hələ biz buna çatmamışıq, belə deyil, çatmamışıq. Sizin təşkilatın yazılı ideolojisi, fəlsəfəsi var mı? Təbii ki
vardı sizə demək ki 80 səhifəlik əgər bizim daha doğrusu bayaq dediyim kimi ülkələrimiz və dövlət proqramımız var, düzüyümüz də vardı. 15 səhifəlik düzüyümüz vardı. Bunları sizə göndərmişəm və təbii ki, bizi də təqib edən, bizi izləyən əzizlərimiz demək ki, milliqurtuluş.com saytına gedib və oradan bunu alıb oxuya bilərlər. Alıb özləri eləyə bilərlər ki, bunu oradan demək ki, eləsinlər, İndirsin. kop eləsinlər. Tamam. Təşkilatınız mali olaraq necə təmin olur? Mali olaraq hal-hazırda bizim üzviyyət haqqılarımız, demək ki, mürəttəb üzviyyət haqqılarımız verilir. Sağ olsunlar, bunu kəsmirlər. Bizim yönetim kurulunda olan ve aynı zamanda sempatik qüvvələrimizin de tarafından maliye yardımlar gəliblər. Ama bu maliye yardımlar dediğim sırf bizim maliyemizi təmin etsin kimin değil, belki ümumiyyətlə bizim nizamnaməmizi təmin etsin kimi algılanır. Çünkü nizamnaməmiz təmin olsa bizim gələcəyimiz təmin olar. Ama bu ki bize bu günləri maliye yardımı kimsədən, hər hansı bir sivil toplum quruluşdan və ya hər hansı bir dövlət sistemindən gəlirsə yox. Yox. Bizim ancaq bir də eyanələrdirlər ki, dediyim kimi eyanələr. Biz indiyənəcən də müraciət etməmişik bunlara. Ancaq bizim bir planımız da vardı. O planlarımızın əsasında və hətta bizim demək ki, ilçələrimizin üzərində ən iri xəttlərlə yazılan Güney Azərbaycan üçün yardımlaşma fondu yaranmasıdır. Bu Güney Azərbaycan üçün yardımlaşma fondu təşkilatımıza aid olması deyil. Bəlkə orada bizim yüzlərlə, minlərlə gəncliyimiz, cavanlarımız, ailələrimizdilər ki, buna çox ehtiyacları var. Çox təəssüflə bugünə qədər mən keçmişdə də bir neçə də dostlarımıza, əzizlərimizə, qardaşlarımıza, qardaş təşkilatlarımıza müraciət etdim ki, bunu mütləqa yaradaq birlikdə. Bu tək bizim işimiz deyil. Bunu yaradaq birlikdə. Çox təəssüflə cavab almadım. Nədənlərə qayıtsıq, qayıtmayaq. Siz özünüzü Azərbaycan Parti və Təşkilatı birinin lideri bilirsiniz, görürsünüz, yoksa özünüzü Güney Azerbaycan lideri kimi görürsünüz? Güney Azerbaycan lideri kimin görmək, bilirsiniz nəzirdə biz bir ilk gəliz modern təşkilatçılıqdan danışanda, söhbət edəndə hər təşkilatın ən böyük arzusu, ən böyük diləyi o sonucuna varmaqdır. Sonuca varmaq nə deməkdir? Bir təşkilat qüdrət istər, güc istər. O qüdrəti, gücü demək ki, hansı sahədə olursa olsun. Biz indi Güney Azərbaycanda əsarətliyik. Güney Azərbaycan milli hərəkatımız vardı. Bu Güney Azərbaycan milli hərəkatımız bizim bütün hamımızın ana bətnimizdir. Ana təşkilatımızdır. İstəsək də, istəməsək də. Buna alternativ sazlıq etsək də, etməsək də. Azərbaycan milli hərəkatı vardı bu günləri. Bu Azərbaycan milli hərəkatının demək ki, çatısı altında yüz minlərlə bizim gəncliyimiz vardı. Yüz minlərlə bizim sinəsini sipər edilmiş, demək ki, savaşa gedən əzizlərimiz vardı. Gəncliyimiz vardı. Biz onlara daha doğrusu bir təşkilat forması deyil, bir millət formasında baxırıq. Təşkilat formasında baxarsaq, mən deyərəm ki, demək ki, mən onların hamısının lider olmaq istəyirəm. Çünki bu mənim haqqımdır. Amma mən onlara bir millət kimi baxanda və özümü o millətin bir cüzbü hesablayanda və öz təşkilatımızı qurtuluşu da o milli hərəkatının bir, demək ki, istiqlalçı, bir qurtuluşçu düşüncəsi, təşkilatı fonksiyonu adlandıranda mənim haqqım yoxdur deyəm ki, o millətin mən lideriyəm. Mənim ona haqqım yoxdur. Və etmərəm də, bu işi də görmərəm də. Edənləri də demək ki, mən bu işi etməsinlər deyə hər zaman dosyada olaraq
deyərəm ki, o işi görməyiz. O işi. Çünki Liderlik o haqda, millətin bu liderlik qavramı haqda ya e, ə- nə desək, hər nə desək, bu haqda nə düşünürsünüz? Yəni liderlik deyəndə sizin liderlik gözünüzə nə gəlir? liderlik bir millətin elitasyonundan bir millətin demək ki, yaranmış, əmələ gəlmiş və ondan yüklənmiş, belə deyək, və onu özünün himayəsində, özünün etkisi altında salan bir qavramdır. Yəni, bax deyim, elitasyon dediyim. Məsələn, nümunəsini sizə deyim. Biz Azərbaycanımızın kuzeyinin Milli Azadlıq Hərəkatında var idi hamımız. Hamımız bilirsiniz. Demək ki, mən 2 dəfə, 3 dəfə buranın azadlıq meydanında olmuşam. Və orada ilk öne çıxan insanlar ki vardılar. Bu öne çıxan insanların demək ki, şüarçılardılar. Gözəl şüar verdilər. Gözəl həyəcan yaradırdılar. Gənc idilər. Ondan sonra işçilərin demək olar ki, o düşüncəsini, fikrini, təfəkkürünü nümayəndəlik edirdilər. Və bunlar ateşin insan çəkirdilər ora. İnsanları çəkirdilər, toplumları çəkirdilər. Amma bunun arkasında bir elitasyon var idi. Bir elit var idi bunun arkasında. O elit şairlərimizdən, böyük şairlərimizdən, yazarlarımızdan, mütəfəkkirlərimizdən, düşünürlərimizdən, siyasətçilərimizdən təşkil tapmışdı. Və sonunda nə oldu? Sonunda demək ki, o şüar verən əziz qardaşımız deyildi. Onun ətrafında, çevrəsində olanlar deyildilər. Bəlkə onların birindən gəldi və çıxdı üzə və oldu Əvvəz Elçi bəy. Və oldu demək ki, o millətin lideri. Bilirsiniz? Elitasyon və liderlik bu demək. Liderlik zorla olmur. Zorla heç kim eləyə bilməz gəlsin desin ki, mən liderəm. Məsələn, deyirəm, mən filan hərəkatı mən yaratdım, filan hərəkatın mən liderliyini etdim, filan hərəkatın mən. Sən də varsan, sən də olarsan, sən də ola bilərsən. Hər kəs ola bilər burada, hər kəs ola bilər. Amma onu millət yaradar. Millət də kimi yaradar? Millət də kimi demək ki, önə çəkər? Dayanışması, dirənişməsi, düşüncəsi, təfəkkürü, ondan sonra millətlə bağdaşması, millətin içində millətləşməsi, millətin içində milləti dövlətləşmə tərzinə aparması. Bunların xüsusiyyətlərdirlər ki, o adamda olmalıdır ki, o adam matematik olaraq millət tərəfindən qalxsın yuxarı. Atatürk heç vaxt demədi ki, mən gəlmişəm millətin lideri olam. Heç vaxt demədi. Atatürk gəldi, əskərlikdən demək olar ki, baxdı və millətin lideri oldu. Sizin önərdiyiniz, sizin partinin bayrağı var mı? Bizim partinin bayrağı yoxdur. Biz demək ki, bizim logomuz vardı və mənim arxamda da görünür logo. Logomuzun demək yanında biz eyni zamanda Güney Azərbaycan milli mücadilə simgəsi olan o bayrağı qəbul etmişik. O bayrağa hər hansı bir saygısızlıq etməmişik. Həmişə olduğu kimi, əgər biz demək ki, başqa arkadaşlarımızla, başqa qardaş təşkilatlarımızla əgər bir hərəkətə girəcəyiksə, o hərəkətdə o bayraq qaldırılacaqsa, biz də onu qaldıracağıq. Biz də onu. Amma o bayrağı gətirib də Azərbaycanın dövlət bayrağının üzərinə yerləşdirməyə və biz vardı və də bunu edərik. Bu geçici bayraq buyurdunuz, yəni bu milli bayraqdır, yoxsa təklif olunan bir bayraqdır milli bayrağa? Bir açsana bu məsələni bir açsana açsaq, məsələ yox. O zaman məsələn milli bayraq olar ki, milyonlar insanın demək ki, nədir, omuzunda qaldırırlar. Milyonlar insanın omuzunda qaldırırlar. O zaman milli bayrağa çevirilər. Amma hər təşkilatın özünə görə bir bayrağı vardır. Biz bu günləri Qurtuluş Partiyası olaraq bütün təşkilatlarımızın qaldırdığı bayraqların hamısına saygı ilə yanaşırıq. Bütün təşkilatlarımızın hamısına saygı ilə. Çünki o biz oyuq.
Yani biz onları özümüzü onlardan ayrı bilmiyoruz ki. Sadece sanki bayaqları dediyim kimi elə bir ki, məsələn deyirəm, bölgə başkanlıqları ya bölgə nümayəndəlikləri əsasında biz hərəkət edirik elə bir. Birisi orada, birisi burada amma hamısı eynidir. Hamısı eyni olduğuna görə onların qaldırdığı nə varsa bizim saygımıza, bizim saygımızdan əksi Yaşa, olmaz. yaşa, yaşa. Güney Azərbaycanlılara və Türklərə, sizə və siyasətlərinizə, sizin partinin siyasetinə maraqlı olanlara, sizin təşkilatın amacların, isteklerin, planların və oxuyub tanıması üçün hangi kanallarınız var? Hangi yollarla insanlara deyirsiniz ki, gəlin bunları oxuyun, bunları bizi tanıyın. Yani medyanı büyütsüz. Medya olsun, internet olsun, sosyal şəbəkə olsun, kağız olsun, kitap olsun. Bizim bütün medyaların hamısında demək ki, Milli Qurtuluş adında medyalar hamısı bizim medyalarımızdır. Təbii ki, bir dostumuz da ola bilsin ki, gəlsin, səmbatımızdır. Ya əslən bizi bəyənmir, amma özü bu Qurtuluş sözünü çox bəyənir, gözəl düşünür. Gəlsin, onunla da birlikdə demək ki, özünə bir medya açsın. Bizim heç Yok bir yok, zaman o ona da değil. etirazımız olmaz. Yani sizi tanımaq üçün insanlar istəyirlər sizi tanıyırlar. Mən istəyirəm Həsən, Hüseyn, Kazım, Qasım, Rüqəyyə, Fatma, Asiyə. Dedim, İstəyir sizi tanıtsın. Bunlar tabii. hardan eləyə bilər sizinlə tanış olsun? Sizin düşüncələrinizlə, yazılarınızla, düzeylərlə, kitablarla. Başa düşdüm. Medya qruplarıyla, bütün medya qruplarıyla bizlə ilişki qura bilərlər, Yəni tanış ola sizin bilərlər. radyonuz var, televizyonunuz var, web saytınız var, nəyiz var? Ərz edəcəm də, Hı ərz hı. edəcəm. Məsələn, məsələn bizim dediyim kimi media qrupda hamısında varıq. X-dən tutmuş ta bəs ki, nədir, bu Facebook'dur. Facebook'dan da Instagram, Telegram, ondan sonra TikTok və Türkçesi bunların hamısı və Facebook, WhatsApp'da. Ya bunların hamısı eyni zamanda bizim demək ki, həftə ikinci günlərində və ya bəzən üçüncü günlərində də salınır. Bir saatlıq öz TV'mizdən Qurtuluşun Sözü vardı. Və Qurtuluşun Sözündə də hər həftə bizim tanınmış şəxsiyyətlərimizdən ya belə deyək də təşkilatın ya partiyanın yönetim kurulundan olan üzvlər gəlirlər, danışırlar. Eləliklə biz özümüzdə orada tanıtdırıq və eyni zamanda millət də bizi və biz də milləti bu cür tanıyırıq. Məsələn deyim, keçən həftə bu salı günü bizim yok çarşamba idi fikrim, çarşamba günü bizim iki tane çok değerli dostumuz, size de böyle selamları vardı. Məndən xahiş edər ki, çatdırım. Demək ki, Yusuf bəy Dəstan bizim yönetimindən o gəlmişdi və eyni zamanda Əli bəy Səlimi yenə bizim yönetimdən onlar ikisi idilər və aparıcımız da hər zaman demək ki, Həzər xanım Sultanı, o da tanınmış bir şəxsiyyətimizdir. O tanınmış şəxsiyyətdir. Baxın, onun məsələn həftədə bir dənə o günləri vardı. Yeni bir proje hazırlıyoruz. O projemiz sadəcə və sadəcə dil, kültür, tarix əsasında. Yəni siyasət əsasında deyil. Dil, kültür və tarix əsasındadır. Həftədə bir saatda o başlayacaqdır. Ondan başlamakta yok. Sonra bir tane radyo projemiz vardı. O radyo projemizi bir hafta 10 gün demək işlətdik və dayandırdıq ki, təkmilləşsin. O da 24 saatlıq radyodur. 24 saatlıq Qurtuluş radyosudur. Ki, daha doğrusu 80% müzik, 20% elə sizin kimi dəyərli insanlarımızın demək ki, müsahibələri oradan yayılacaqdır. Yəni devamlı olarak da məsələn deyirəm, bu günlər oldu, bugün bir saat yayınsın, 2 saat yok. Elə bu devamlı olarak ilbaşı belə deyim yayılacaqdır.
Biz onu saxlatdıq. Səbəb bu idi ki, teknik işlərində bir problemimiz vardı. Ötürücü sistemimiz zəif idi. İmkanlarımız biraz az idi. Ancaq bu sayaq deyim və bir də dediyim kimi milliqurtuluş.com bizim ana səhifəmizdir, ana saytımızdır. Buradan da hər gün bizi izləyə bilərlər. Hər gün xəbərlər qoyulur, izlənilir. Və bir şey də deyim, yeni bir proje ki başlanıbdır və biz də onun o projenin içindəyik. Günayım projesidir. Günayım projesi də demək ki, bu adından bəllidir. Güney Azərbaycan Yayım və İnformasiya Mərkəzi. Günayım, Güney Azərbaycan Yayım və İnformasiya Mərkəzi. Bunun əslində çox geniş bir projedir və bu projenin bir tərəfində Türkiyə Qəzetçilər Birliyi başkanlığı dayanıbdır. Geçən ayda böyük qurultaylar keçirildi. 2 günlük qurultaylar oldu. Və bizdən də dəvət eləmişlər, gedə bilmədim mən. Əlbəttə göndərdim bilələrinə. Ondan sonra Atatürkçü dərnəklər ittifaqı burada vardı. Sonra Azərbaycanımızın kuzeyindən bizim çox dəyərli bu media şeyimiz vardı, mərkəzimiz vardı. Axaraz, bilirsiniz, Axaraz. Sonra kuzeyimizdən yine Kanal 13 əməkdaşlıqlar var. Ondan sonra Amerikadan daha doğrusu Turkish Forum çok büyük bir organizatör. Çok büyük bir organizatör. Onlar vardılar. Dediğim gibi bizde onun bir şeyi yok, bir konu yok ve orada faaliyet gösteriyor. Günayım. Çok güzel, çok güzel. Bir de hafta Buyurun. Bir de haftanın her 6. günləri bizim açıq Zoom konferanslarımız olur. Açıq Zoom konferanslarımızda da o şey ki, demək ki, müsahibə ya şey olmur, hardasa %80 ədəbiyyatımızdır, ondan sonra kültürümüzdür, folklorumuzdur və milli kimliyimiz əsasındadır. İndiyənə qədər də 5 aydır çox müvəffəqiyyətlə gedir qabağa ki, hamıya açıqdır bu. O da öz hamıya açıqdır biz. Hamıya açıqdır və bir həftənin içində də bu reklam olunur, təbliğat olunur, anons verilir. Ki, kim olacaq, kim danışacaq və bu cür. Sizdən də oraya dəvət eləyəcəyik. Təşəkkür ederim. Dəvətimiz. Arz edeyim əziz və hörmətli dostlarımızın huzuruna ki, bu təşkilat ki, Əlan huzurlarındayıq, yəni Güney Azərbaycan Qurtuluş Partisinin lideri, xüsusən Sayın Eldar bəy cənabları məni çox belə lütfünə deyiblər ki, bizim radyo televizyonumuzun imkanların sizin ixtiyarınızda qoyarıq. Bizim loqomuzdan istifadə, yəni bizim adımız görsənməsin sizin üstə. Sizin müstəqil olaraq ondan istifadə edə bilərsiniz. Beləliklə çox təşəkkür edirəm. Mən bunu neçə dəfə keçən proqramlarda da demişəm. Böyük bir lütfüdür və bu göstərir ki, bizim milli təşkilatlarımız milli gördükləri bir şeylərə himayət edirlər. Sağ olun, var olun, təşəkkür edirəm. Eldar bəy, sizin təşkilatınız özün haranın, kimlərin və hangi coğrafiyanın siyasi partisi görür? Demək ki, bizim bir vətənimiz vardı. Azərbaycan yaylası. Bu Azərbaycan yaylası dediğimiz haradır? Azərbaycan yaylası dediğimiz Güney Qafqazlardan ta Kuzey Zagoslara qədər çəkilmiş bitki torpaqlarımızdır. Yəni, siyasi nöqtə nəzərdən desək, siyasi coğrafiyaydan desək, Dərbənddən çəkilmiş Songura qədər bizim demək olar ki, bitki torpaqlarımızdır. Bura Azərbaycan sayılır. Bu Azərbaycan saydığımız demək, bölmə həm Qacarlarda olubdur, həm ondan öncəki yerlerde olubdur. O zaman ki biz 10 eyalet olmuşuz Qacarlar zamanında. O zamanlar ki 4 eyalet olunubdur, böyük eyalet olunubdur. Ondan sonra vilayətlər gəliblər. O zaman da demək olar ki bu bölmə bizim vətənimiz olubdur. Yəni biz vətənimizi
biz vətənimizi bölə bilmərik. Necə ki, millətimizi bölə bilmərik. Demək ki, bu coğrafiyayı çəkimdə, ya belə deyək, bitişik torpaqlarda hal-hazırda 50 milyonun üzərində bizim millətimiz yaşamaqdadır. Bu 50 milyonun 10 milyonu azaddır və 40 milyonu əsarətdədir. Milli və mənəvi əsarətdədir. İndi biz özümüzü necə tərif edirik? Biz qurtuluş olaraq özümüzü bu millətin, yəni Azərbaycan Türk millətinin və bu vətənin, yəni Azərbaycan vətəninin demək ki, içində olan bir qurtuluşçu partiya kimi düşünürük. Yəni Quzeyi də siz Quzeyin də partisinin güneyində. Baxın, biz Quzeyi ilə Güneyi bir-birimizdən ayıra bilmərik. Amma bizim əsas qayə hədəfimiz Güney Azərbaycanın istiqlaliyyəti. Güney Azərbaycanın istiqlaliyyəti olmayınca bütün Azərbaycanın məfhumu yoxdur. Güney Azərbaycandır ki, bütün Azərbaycanı demək olar ki, ərsəyə gətirəcəkdir. Güney Azərbaycan parlamenti ilə Quzey Azərbaycan parlamentləri arasında olan indi savaşla olursa olsun, çəkişmə ilə olursa olsun, çəkişi ilə olursa olsun, xətti ilə olsun, nə olursa olsun. Ancaq bu parlament nə olacaqdır? İndi konfederal formasında olursa olsun, indi başqa formalarda olursa olsun, ancaq birləşməlidirlər. Biz özümüzü hal-hazırda Güney Azərbaycanın dövlətçiliyi uğrunda mübarizə aparan bir Güney statuslu, amma yenə deyirəm ki, bütövçü bir hərəkət, bir təşkilat. Tamam. Mən siyasi təşkilatlarımızın və siyasi çalışanlarımızın bir çoxun Quzey Azərbaycançı kimi görürəm. Türkiyyəçi kimi, yəni beləsi deyim, o cürsü deyim, iştibat edin. Quzey Azərbaycanla birləşəxçi görürəm, ta deyərlər Türkiyə ilə də birləşək. Nədən Türkiyədən biraz uzaqdırlar bizim siyasilərimiz, düşüncülərimiz, partilərimiz? Yox, belə deyil. Biz bilirsiniz, Saldıran Savaşı'nı düşünək. Saldıran Savaşı'ndan öncəki tarixini düşünək. Mən əslində çox məşğuliyyətim olub bu tarix məsələsi və onun daha doğrusu dəyər və dəyərsizliklərini hər zaman önə çəkmişəm. Əslində Saldıran Savaşı'nda bizi bir millət olaraq bir-birindən qopardılar. Bizi bir millət olaraq və iki dövlət olaraq bir-birimizdən qopardılar. Birisini elədilər Osmanlı, birisini elədilər nədir? Səfəvi Qacar. Səfəvi Qacar yox. Hətta Səfəvi Qacar biri elədilər o ümumiyyətlə əcəm elədilər. Bilirsiniz? Onu deyəcəkdim. Əcəm elədilər. Birisini elədilər Osmanlı, birisini elədilər əcəm. Osmanlı kimdir, əcəm kimdir? Osmanlı və əcəm tarixdən gəlmiş, bir-biriyle düşmən olmuş bir qonşulardılar hər zaman. Baxın, bu bizim demək olar ki, üzərimizdə işlənilən ən böyük çalarlardan birisi oldu. Biz bunun qabağında qarşısında müqavimət göstərdik, bu göstərə bilmədik. Heç bir zaman göstərə bilmədik. Sadəcə bunun çox az bir zaman içində, o da çox bir az çəkdi. Demək, Nadişah Əfşar bunu müəyyən dərəcə düşündü, anladı və çalışdı ki, bunu birləşdirsin. Hətta bilirsiniz ki, şiəlik məsələsini tamamilə demək ki, azad buraxdı. Kim olursa olsun şiə, kim olursa olsun sünni, kim olursa olsun. Bizim dərdimiz şiə sünnülük də, biz hamımız müsəlmanıq deyə. Hamımız müsəlmanıq. Və bunu beləliklə də hətta Osmanlı demək ki, saraylarına da uzatdı bu məsələni. Və ona görə də bu günlərin Osmanlılar da çox məmnundular. Nadişahı heç bir zaman Nadişahı Səfəvilər kimin anlamında düşünürlər. Hər zaman dost birisi kimin düşünüblər. Nədən? Çünki o uzantını əldə etdi, edə bildi. Amma Əfşarlar, Səfəvilər bunu edə bilmədilər. Biz o zamandan indiyənə qədər çabalıyıq. O zamandan indiyənə qədər çabalıyıq ki, demək ki, bir millət olduğumuzu və gələcəkdə məcburən siyasilərimizdə görünür ki, deyərlər Türkiyə çox güclüdür, silahlı,
İnsanı çoxdur, sərvəti çoxdur, tövlid ürətimi çoxdur. Biz ona dahi çox yaxınlaşmalıyıq, onun köməklərindən faydalanmalıyıq. Amma görürük ki, Azərbaycan Cumhuriyyətinə çox yaxınlaşırıq. Demirəm, ikinə də yaxınlaşmalıyıq, amma çox Azərbaycan Cumhuriyyətinə yaxınlaşırıq ta Türkiyəyə. Bunun səbəbini axtarıram. Yəni mən tarixi baxa bilmirəm. Tarixi tamam. Əgər hətta mən məsələn baxanda siz Təbrizlisiz, mən də Qəradağlıyam. Deyirəm ki, deyirlər bir Osmanlı ilə savaşmışıq, amma bizim xatirələrimizdə yoxdur. Siz Təbrizdə, mən Təbrizdə də bir dənə xatirə nə oxumuşam, nə eşitmişəm. Şeydə də Qaradağda da bir dənə xatirə oxumamışam ki, deyək ki, Osmanlılar gəldi buranı çap-çap elədilər, getdilər. Yoxdur belə bir şey. Xatirəmizdə, milli xatirəmizdə, cəmi xatirəmizdə yoxdur. Amma bizdə bir uzaqlıq var. Şiəlikdən, farslıqdan gələn qalan mənim nəzərimə. Belə düşüncə var ki, məsələn, onlar sünnilər, biz şiə özümüzü onun əsasında bölürük. Türkiyədən biraz uzaq dururuq. Bunu istəyirəm soruşum. Siyasilərimiz niyə bunu belə düşünürlər? Yəni bizim əslində bunu düşünmək, daha doğrusu düşünməmək olmur. Səbəbi budur ki, biz tarixə bağlıyıq. Tarixin geçmişindən indiyənə qədər bizim üzərimizə gələn məsələlər. Baxın, bayaqları mən işarə etdim. Axı bizim üç anlaşmaya müşahidə demək işarə etdim. Və bu üç anlaşma hamısı Azərbaycanın parçalanması ilə sonuç olubdur. Azərbaycan parçalanıb, Azərbaycan bir idi. Azərbaycan tarix boyu bir olubdur. Azərbaycan hər zaman bir ad daşıyıbdır. Azərbaycan hər zaman demək ki, indi xanlıqlar olsun, ondan sonra bəyliklər olsun, paşalıqlar olsun, nə olursa olsun, ancaq bir vahid olubdur. Və bu da vahid Azərbaycan da hər zaman Osmanlı dövlətindən fərqli olaraq başqa dövlətlərin hegemonluğunda olublar. Başqa dövlətlərin hegemonluğunda olublar. Məsələn, biz təsəvvür edirik ki, indi İslamdan bu tərəfi nəzərdə alsın. İslamdan bu tərəfi nəzərdə alaq demə. Qara qoyunlardan, ağ qoyunlardan tutmuş səfəvilərdən filan. Hamısı, bunların hamısı kökən olaraq doğrudur, türkdülər. Hamısı kökən olaraq türkdülər. Amma ümumiyyətlə bölgə və məntəqə olaraq Azərbaycanda hakim olublar. Azərbaycana hakimiyyət eləyiblər. Bu Azərbaycandır ki, parçalanıbdır. Bu Azərbaycandır ki, birləşməyə, bütünləşməyə hər zaman demək olar ki, gönül vermiş, həsrətlə baxmış. Bu o anlama gəlmir ki, bizim Türkiyə ilə hər hansı bir birləşməmiz olmayacaqdır. Əsla mən belə düşünmürəm. Mən hətta bunun ötəsində belə düşünürəm. Hətta ötəsində düşünürəm. Amma biz ilk öncə Azərbaycan olaraq bütünləşməliyik, birləşməliyik və sonra ən azından Oğuz türkləri olaraq, ya belə deyək, başqa təbirlə deyək, bölməyək da, başqa təbirlə deyək ki, demək, Batı türkləri olan bir coğrafiyada yaşadığımıza görə mütləqa biz bir konfederasyon formasına girməliyik, geçməliyik. Təşəkkür Mən ederim. heç bir zaman Türkiyə ilə Azərbaycan arasında ayrımçılıq yapan bir insan olmamışam. Tamam. Sizin üçün bu üç danadan hangisi stratejik önəm daşır sizin üçün və siyasetinizin mərkəzindədir? 1. İran və İranlılar. 2. İrandakı Türklər, Azərbaycanlılar. 3. Azərbaycanlılar. Bu günləri hələ başqa bir şey də vardı. Sizə bunu da bəlkə suallarınızla bunu əlavə edəsiniz. İndi bizim bir iddiamız çıxıblar ki, İranın türkləri. Bunu dedim daha. İran və İranlılar, İrandakı Türklər və Türklər, Azərbaycanlılar. Üçüncüsü Azərbaycanlılar. Təbii ki, biz Türk olaraq fərqli demək olar ki, bölümlər dəyirik, fərqli etnoslar dəyirik. Hamımız Türk'ük. İndi orada olsun Xələc ki, bu tarixi bir addı qoyulub üstlərinə. Olsun Qaşqaylar yenə tarixi bir addı ki, qoyulub üstlərinə. Xurasan türklərinə gəlincə bölgə bir, yəni bilirsiniz də, şeylərdən, daha doğrusu Səlcuqlardan belə gəlib də orada yerləşiblər, dayanıblar, qalıblar. Bunlar hamısı və türkmənlər hətta, biz Türk olaraq hamımız eyni etnikliyiz, eyni etniki daşıyırıq.
Ama Azerbaycan olarak ki bu etniklerin hamısının üstünde dayanır, bir bitişik torpaqların üzerinde kurulur. Bakın, bayaqları ben dediğim meseledir ki Kafkazlardan tutmuş Zagoruslara kadar çəkilmiş bizim bitişik torpaqlarımız var. Yani Azerbaycan vətəni vardı burada. Bu Azerbaycan vətəni hər zaman bu bölgənin, bu məntəqənin ən böyük demək etniksel hakimiyyətlərinin başında gələnlər olublar. Demirəm özləri birbaşa yaratdılar. Yox, yaratmayıblar. Bizim sülalə dövlətlərimizin, əşirət dövlətlərimizin başında gələnlər olublar, belə deyim. Biz təbii ki, məsələn, bu günlərdə, hətta Qaşqaylarda düşünün ki, bu günlər əşirətçilik azdan çoxdan vardı. Yoxdur da bu famil, bu tayfa, bu tayfa, bu tayfa. Tayfa dediğimiz nədir? Əşirətçilik dediğimizdir. Başqa buna ad qoya bilmərik ki. Amma Azərbaycanda 100 ildən çoxdur Azərbaycanda siz bir dənə əşirət tapa bilməzsiniz. Yəni demirəm, sistem olaraq tapa bilməzsiniz. Demirəm, filan ola bilər. Sistem olarak tapa bilməzsən əşirət. Çünki əşirətçilik bizdə aradan gelib və bizdə modern millətçilik demək ki, ortadadır. Bu günlər bizim bu qədər təşkilatlarımızın olmasının səbəbi nədir? Bu qədər fikir ayrılıqlarımızın səbəbinin olması nədir? Bu qədər demək ki, bir-birimizlə bəyənməyən bir tutuma gəlməyimizin nədir? Səbəbi nədir? Səbəbi bizim millətçiliyimizdir, millətləşməyimizdir. Biz millətləşmişik. Biz millətləşdiyimizə görə bir addım əşirətçilikdən qabağa keçmişik. Və əşirətçilikdən qabağa keçdiyimizə görə vahid düşüncə ortaya qoyduğumuz bir əcələ ağırlaşır, çətinləşir. Aman, diyaloqla, bəhslərlə, küçük barışmalarla, bunların hamısı ilə birlikdə siyasi demək ki, ortam yaratmaqla bunu eləyəcəyik da. Bizim əslində belə bir şey olduğumuza görə bəs deyirik ki, Azərbaycan türkləri termini bizim üçün siyasi mərkəziyyət qurmaq və yaratmaq üçün ən vacib metodlardan birisidir. Bax, siyasi mərkəziyyətin quruluşu bizim gələcəyimizin təminatıdır. Azərbaycanın siyasi mərkəziyyətinin quruluşu Qaşqayların təminatıdır. Xələtlərin təminatıdır, düşmənlərin təminatıdır, Xorasanda yaşayan bacı qardaşlarımızın təminatıdır. Yəni, siyasi mərkəziyyət olmadan sən mədəni qalırsan. Mədəni fəaliyyətində heç bir zaman siyasi demək ki, atmosferə qalxmasının, heç bir zaman siyasi motivasyona qalxmasının gücü yoxdur, qudrəti yoxdur və izni də yoxdur. Ona görə də sən siyasi olmalısın. Siyasi olmaq üçün vətən anlayışın olmalıdır. Vətən anlayışına mərkəziyyət yaratmalısın. O mərkəziyyət bu günlər Azərbaycan türkləri sayılır. Tamam, teşekkür ederim. Mən burada da bir düşüncəm var. Məncə o millətlər ki, eləyə biliblər. Məsələn, Qəşqaylar kimi, Lorlar, Bəxtiyarlar kimi, Ərəblər kimi, Türkmenler kimi, Kürtler kimi o eski tarixi sistemlerin hifz eləyərək çox rahatca hizb kimi hərəkət edebilirler. Yani çok rahat çevrilir hizbə. Bakın mesela hamımızın özünün özel bir hizbi var. O əqidət dediğizində bir hizbi var. Siyasi, modern bir siyasete çevrilir. Əgər onu desək əski, amma səri çevrilir. Səri bəsic olabilir, qudrətini getirebilir, mali her şeyi getirebilir. Ama bizimki bir təəssüfənə əlimizdən o milli qeyrət gedibdi, tarixi qeyrət gedibdi. Biz indi mesela ben Qızılbaşam, fikrim siz de Qızılbaşdınız, bilmirəm. Ama mesela biz Qızılbaşıq, amma onunla da Qızılbaş yığışıb bir təşkilatları yoxdur. Deyərlər ki, biz 4 milyon, 5 milyon Qızılbaş olarak mesela bizim bu siyasi təşkilatımız bu 4-5 milyondan qidalansın, insan tutsun, özdə bir hizb olsun. Yani desin ki, məsələn deyirəm, Qəşqaylar dedim. Məsələn, elə Qəşqay deyək da. Məsələn, Qəşqayların partiləri qurulubdur. Çox da gözəl. Yani adam sevinir, yani şöyle o sürətlə bunlar gedə bilirlər qabağa. Çox sürətlə və hızla. Mən fikir edirəm ki, biz biraz bu İran nəfsinə, İran düşüncəsinin çıxarına özümüzün milli kimliyimizdən uzaqlaşmışıq. Onun üçün də partiləşmağımız da çətindir.
gücləşməyimiz də çətindir. Çünki bizi bağlayan bir şey o qədər yoxdur. Azərbaycan, dahi nə? Türk, dahi nə? Amma o zaman bizi bir qan bağı da bağlıydı. Yəni, mən məsələn Qəşqayam o deyirdi, mən Qızılbaşam o deyirdi, mən Qarapapağam. Hərə özünün partisini düzəldə bilərdi. Çox rahatca və çox bir siyasi güc olaraq məmləkətin başında da çalışa bilərdi. Hər halda, bu da mənim düşüncəmdir ki, kaş biz eləyə biləydik, yenə o xanlığımıza, bəy dövrünə qeydə biləydik. Millətimiz çox rahatca 4 dana xan, 10 dana xan, Nadir'in gibi, siz Nadir Şah'a işaret buyurdunuz. Nadir Şah dövründəki Muğana yığışdılar. Millət yığışmadı ki, liderlər yığışdılar. Yəni, bugünkü gözünə baxsaq, liderlərin, partilərin rəhbərləri yığışdı. Orada səlahiyyətləri bölündülər. Uslanları aldılar, idarə sistemini, hər kəsən öz idarə sistemini bir məntəqədə aldı, getdi daşındı orada hakimiyyətin qurmağa çalışdı. Hər halda, istədim fəqət bunu deyəm ki, məncə batılaşmışıq düşüncəmizdə, birləşməmizdə. Şey olmamışıq, yəni bilmirəm ki, batılaşmışıq, orada hələ o zaman batı ilə şarjı yox ki, biz hizbi qura bilək və hizbilərimiz işləyə bilərlər. Amma hər halda, sizin ən önəmli siyasi stratejiniz ya ən üstün amacınız nədir? Ən üstün. Mən çox üzr istəyirəm, hərdən bunu çəkirəm, çox üzr istəyirəm. Önəmli deyil, mən də məriziyim, elə hələ də feyləm tutulmuşdur. Aslında büyüğüz bir də. Ən önəmli stratejiniz ya ən üstün amacınız nədir hizb olaraq? Partiya olaraq. Ən üstün amacımız. Bizim demək ki qısa, orta və uzun stratejilərimizi nəzərdə alsaq, 3 cümlədə eləyə bilən işarədən. Çünki dediyim kimi, siz sorularda qayıdacaqsınız, mən istəmirəm ki, zamanımı burada boş xərcləyəm. Demək ki, İnsaf Əli bəy, biz Güney Azərbaycanın qurtuluşu, milli qurtuluşu istiqlaliyyətini, ikinci Bütöv Azərbaycan birliyinin yaranması və üçüncü Turan evinin yaranması. Bu bizim 3 əsas stratejik başlıqlarımız. Çox gözəl. Var olun. Hər yeri gəlsə buna açacağıq əlbəttə ki. Təbii ki. Dövlətlər ilə sizin təşkilatın ilgisi hangi usul üzərinə qurulur? İndi dünyada dövlətlər vardır. Siz Azərbaycan dövləti var, Türk dövlətləri var, Türkiyə o cümlədən və o birisi dövlətlər, Avropa dövlətləri, Amerika, Kanada, Asiya. Bunlarda hangi usul üzərinə ilgi qurmağı düşünürsünüz? Birinci, biz demək ki, Azərbaycanı, Quzey Azərbaycan Cümhuriyyətini özümüzün doğma dövlətimiz bilirik. Və ona görə də bizim bir şüarımız vardı. Şüarımız budur. Bir millət 50 milyon, bir dövlət Azərbaycan Respublikası, bir millət Azərbaycan Türk milləti və bir bayraq Azərbaycanın müqəddəs bayrağı. Və bunların hamısını təmsil edən bir cümhurbaşqanımız var. O da ki, ad verməyim çünki adı bəlli. Yəni, birdən cəmilərsiz biləm. Ona görə qorxuram. Yəni, zərafət elədim. Zərafət elədim. Şahqa. Bizim əslində belə bir dörtlüyümüz vardı. Azərbaycana aid olan dörtlüyümüz var. Biz Türkiyəyə gəlincə, Türkiyəni Türk dünyasının demək ki, üzük qaşı, Türk dünyasının daha doğrusu ümid yeri, Türk dünyasının bundan sonraki həyatında, yaşamında, bundan sonraki fonksiyonunda demək ki, olacaq mərkəziyyət düşünürük, anlayırıq. Bu anlama gəlsin və bir də Türk dünyası vardır. Türk dünyasını təbii ki, nə biz onları tanıyırıq, nə onlar bizi tanıyırlar. Boy deməyək bir-birimizə. Yəni deməyək ki, biz onları çox bətər tanıyırıq, onlar da bizi çox bətər tanıyırlar. Yox, biz sadəcə və sadəcə bu günlərə hələ atifi tərəfdən çıxmamışıq eşiyə. Hələ duyğusal tərəfini deyirik. Məsələn deyəndə, Qazax gələndə mənim Qazax türkləri deyiləndə
mən bədənimdə bir şey var, qıdıqlanma gəlir. Məsələn, qırqız türkləri deyəndə bədənimdə bir doğma qız şey gəlir. Qaqayuzlar deyəndə məsələn, qaqayuzlar nə gözəl mənim demək olar ki, bu dünyada Xristian şeyim də vardı, millətim də vardı. Nə gözəl deyə düşünür. Ya məsələn belə bir şeylər hələ biz o həddi yox. Amma o həddən üstə gələcək mi? Gələcək. Tabii ki, gələcək. Bu günləri sürətlə daha doğrusu gedir ki, Türk Dövlətlər Təşkilatı fonksiyon sahibi olsun. Bu günləri gedir ki, artıq demək olar ki, özünün ordusunu təşkil etsin. Yavaş-yavaş artıq standardı, ekonomi standartlarını təşkil etməkdədirlər. Made in Turan ortaya çıxır. Bir gerçəyi ortaya çıxır. Yəni bu günləri biz buna sürətlə gedirik. Bu da ümidvarsızlıq deyil. Mən ümidim olsun, olmasın. Bu bir gerçəklikdir ki, artıq özünü doğrultdu. Və kimsə də bunu gəlib deyə bilməz ki, bunlar xəyaldadırlar, bunlar xəyal edirlər. Yox, gerçək, gözümüzün qabağında gerçək. Gözümüzün qabağında. Hər həftə olmasa 2 həftədən bir 7 demək ki, indi Kibrisi də qatdılar özlərinə, Kuzey Kibrisi də qatdılar özlərinə. Demək, 7 ölkənin bayraqları yan-yana gəzir. Birisində Xarici İşlər Naziri, birisində Ekonomi Nazirliyi, birisində demək ki, idmançısı. Artıq Türk dünyasının olimpiki başlayır. Olimpiki yaranır. Bunun projesini getirdirlər. Vahid pulunu düşündülər. Yəni, bunlar demək olar ki, mənim xəyalım deyil ki, gəlsinlər desinlər ki, Eldar Qaradağlı xəyalpərəst bir istiqlalçıdır. Sən də bax görəsən. Lütfən sən də gör, əziz qardaş. Xəyal qurmaq Sən də görsən. Eldar bəy, xəyal qurmaq çox gözəldir, çox gözəl. Bu xəyallardır ki, bizi gerçəkliyə yaxınlaşdırdı. Bizim xəyalımız olmasaydı, bu günlər heç bir olmazdı. Bu gün heç bir olmazdı. Bu günləri mən fəxrlə, iftixarla, daha doğrusu deyəndə ki, baxın, İlham Əliyev bu günləri çox böyük stratejik oyun oynayır. Yəni, bir cumhurbaşqanıdır bu. Bir cumhurbaşqanı. Bax, geçən 2 ay bunca, ya belə deyək də, 5 ay, 6 ay bundan qabaq bizim aramızda ixtilaf var idi. Deyirdi, Güney Azərbaycanda 30 milyon mu, 25 milyon mu? Güney Azərbaycanda bəzilərinin dediyinə görə 10 milyon mu? Nədir? Bir cumhurbaşqanı çıxdı, dedi ki, mənim 40 milyon qardaşım yaşayırdı. Bir cumhurbaşqanı çıxdı bunu dedi. İndi sən bunun adın bir tərəfi böyle xəyal. Bu xəyal gerçəkliyə dönüşür. Bu günləri hamımızın ağzımızdan bir söz çıxır. 40 milyon Güney Azərbaycan. Bu günləri. Demək ki, bu bir status qazandı. Və sabahları bu status BMT-də də oturub əyləşib və müzakirə olunacaqdır. Sən mənə xəyal deyirsən, xəyalpərəst deyirsən de, sən mənə nə deyirsən de, amma bu gerçəkliyi sən də, mən də qaçırda bilmək. Realın yolu xəyaldan gedir. Xəyal qurmasan, getirənməsən ki, yarada bilməzsən. Əvvəl xəyal quracaqsan, sonra da yaradacaqsan. Təbii ki. Doğru. Bizim Türk dünyamıza baxışımız bir tərəflidir. Azərbaycanımız olsun, Türkiyəmiz olsun, demək, Orta Asiyamız olsun, Türkistanımız olsun. Bizim Türk dünyasına baxışımız bir tərəflidir. Yəni o da nədir? O da doğma baxışımızdır ki, özümüzə bax. Ayna kimi özümüzə bax. Bunu onların bizə necə baxmaları bizim gücümüzdən asılıdır. Biz nə qədər güclü olaq gələcəkdir, nə qədər özümüzü qanıtlayaq. Bu olacaqdır. Bunu da inanırıq olacaqdır. Amma dünya ilə münasibətlərimiz bizim ortaq mənfəətlərimizin üzündə. Bizim bu dünyada heç bir düşmənimiz yoxdur. Düşmən axtarışında deyil. Bütün dost axtarışında yox. Amma bu dostlar kimlər ola bilər? Bu dostlar bizə onlar ola bilər ki, onlarla bizim mənafeyimiz, milli mənafeyimiz üst-üstə gəlsin. Bu dostluq deyil. Bu milli mənafeyin ortaqlaşması deməkdir. Biz o ortaqlaşmanın tərəfindəyik. Bu günləri bir dənə dövlət gəlsə, desə ki, Salam əleykum Qurtuluş Partiyası, qapımı döydüm. Salam əleykum,
mən filan kəsəm, mən filan dövlətəm məsələn, mən filan səndən mənim mənfəətlərim üst-üstə düşür. Deyərəm, bir qız gəlin oturması da danışaq, söhbət eləyək. Təbii ki. Sənin ırqından, dilindən, sənin demək ki, hansı qarada, hansı ölkədə olduğundan asılı olmayaraq, səndən əgər mənim mənfəətlərim üst-üstə düşürsə, əgər düşmənimiz vahiddirsə burada, əgər o düşməni də yıxmaq üçün vahid hərəkət etməyimiz gərəkirsə, böyük gəl müzakirə eləyək. Sən məni sevsən də, mən səni sevməsəm də. Mən səni sevsəm də, sən məni sevməsən də. Gəl oturaq müzakirə eləyək. Bizim mövqeyimiz, bizim tutumumuz budur. Gözəl. Mənim sorularıma cavab verirsiniz sormadan, gedirsiniz. Burduza kimi yıxa-yıxa gedirsiniz. Ərz edin ki, dövlətlərlə ola biləcək ilginizi necə tərif edirsiniz? Dediniz ki, milli mənafe üzərində. Belə bir tərif qurdunuz eləmir. Milli mənafe üzərində. Əcəba, sizin təşkilat bir dövlətə bağlıdırmı? Bizim nəyimiz? Təşkilatınız bir dövlətə bağlıdırmı? Azərbaycan, Türkiyə, hər hansı bir dövlət. Bir millətə bağlıdır. Kəsinliklə bir millətə bağlıdır. O da Azərbaycan Türk millətidir. Dövlətə bağlıdır ya yox? Kəsinliklə yox. Təşkilatların hansı bir xarici təşkilatların hangi bir xarici dövlətə bağlı olmasına necə baxırsınız? Hansı dövlət olar? Hansı dövlət olursa olsun. Azərbaycan, Türkiyə ya hər hansı bir dövlət. Yəni milli mənafe uğrunda istəyirsən ki, dövlətlərlə çalışasan. Çalışacaq amma o ayrı. Bağlılıq başqa. Bağlılıqsın. Baxın, biz elə bir bölgədə yaşayırıq, elə bir məntəqədə yaşayırıq ki, bu məntəqədə bu dövlətlərin bir-biri ilə yaşamasının təkcə bir şansı vardır. O da diplomatik qonşuluq şansıdır. Əgər o diplomatik qonşuluq şansı da bunlardan alınsa, ikinci gün girərlər bir-birinin savaşına. Elə bir bölgədə yox, elə bir məntəqədə yaşayırıq biz. Yəni bu məntəqənin demək olar ki, ancaq özünü idarə edəcək gücü sadəcə və sadəcə o diplomatik qonşuluqdadır. Biz bu günləri Türkiyə ilə İran arasında olan diplomatik münasibətlər vardır. Biz bu günləri bildiyimiz Azərbaycanla Türkiyənin arasında, Azərbaycanla İran arasında olan münasibətlər vardır. Doğrudur. Bu diplomatik münasibətlərdir. Və təbii ki, əgər mənim hər hansı bir istəyim ki, Güney Azərbaycanın istiqlaliyyəti, bağımsızlığıdır. Sabahları bu diplomatik münasibətlərlə üst-üstə düşməyəcəksə, Azərbaycan mənim üçün addım atmayacaq. Mən onu anlayıram, düşünürəm. Mən onu düşünürəm. Türkiyə mənim üçün addım atmayacaq, onu düşünürəm. Amma əgər mən demək ki, Azərbaycanın bütün istəkləri əsasında hərəkət etsəm, mən Azərbaycana bağlı oluram, Azərbaycan dövlətinə bağlı oluram, cümhuriyyətinə. Mən Türkiyə cümhuriyyətinə bağlı oluram. Onda mən millətimin bağlarını, millətimin bağımsızlığını nə cür təmin edə bilərəm? Yox, bir tərəfdən mənim Azərbaycan Cümhuriyyəti ya Türkiyə mənim dövlətimdir, mənim millətimdir. Bir tərəfdən də deyirsiniz, bağlı olmaq məsələn yaptı deyil. Bu nə cür ola bilir? Təzad deyil. Baxın, burada bir şey vardır, burada incə bir məsələ vardır. Bu incə məsələ budur ki, dövlətlər başqa, hakimiyyətlər başqa. Dövlətlər bambaşqa bir məqulədir. İqtidarlar bambaşqa məqulədirlər. Sən dövlətə bağlı ol, o dövlət sənin dövlətindir. Amma o dövlətin əgər öz içində olan müxalifəti o dövlətin iqtidarına bağlı deyilsə, sən necə eşikdən ona bağlı ola bilirsən? Mümkün olan nasıl bir şeydir? Olmasında güc alanmazsan, yəni bugünkü dünyada bağlı olmasında güc alanmazsan. Bir güc, İranın əvvəldə özü də işarə buyurdu zaten, mali gücümüz yoxdur. Yəni yap belə aslında bunu kirayəsində elərdik ki, mali gücümüz yoxdur, qaynağımız yoxdur. İndi təbii ki, siz bir dövlətə bir şey verəcəksiniz, o dövlət sizə məsələn bir mali güc, ya silah gücü, ya təbliğat gücü, radio gücü, televizyon gücü. Məsələn, İranlılar, Farslar, Rusiyadan radyo televizyonlar var, Almandan var, Hollandiyadan var, Amerikadan var, İngilizdən var, hardan desəm var. Bizim hardan var. Niyə onlar bağlı deyirlər? Biz bağlıyıq. Məsələn, bir daha radyo alsaq bağlı oluruq, televizyon alsaq bağlı oluruq. Baxın, məsələ televizyon bağlı, bu bağlılıq deyil ki.
Niyə biz məsələni kiçiltməyək? Məsələni daha çox dərindən düşünməliyik. Biz belə düşünürük. Yoxsa sabahları əgər Azərbaycan dövləti hər hansı bir siyasəti üzərindən bizə bir televizyon pəncərəsi açarsa, biz məmnuniyyətlə onu qəbul edəcəyik. Məmnuniyyətlə. Eləməsək belə biz gərək bənd vəsatımızı yığıb və demək olar ki, çırpalazımızdan çıxıb gedək buradan deməyək siyasət işləyik. Biz əsla belə deyil. Ancaq Azərbaycan gələ və bizə deyək ki, biz bəli, sizə bu televizyonu veririk. Amma siz o televizyonda, 24 saatdə o televizyonda 24 dəqiqə belə Azərbaycanın güneyinin istiqlaliyyətindən dinməyəcəksiniz, danışmayacaqsınız, biz onu qəbul etməyəcəyik. Çünki hər şeydən əsas bizim üsullarımız, bizim ilkələrimizdir, bizim prinsiplərimizdir. Bizim prinsiplərimizi bizlə demək ki, alış-veriş masasına oturan hər kəs olursa olsun, biz onun qabağında Çok güzel, çok güzel. Ama indi mən bir dənə soru soruşum. Bağlılıq nə deməkdir sizcə? Bu bağlılıq bambaşka bir şeydir. Bağlılıq bu deməkdir ki, məsələn, Hizb-i Tuğda təpədən dırnağa, demək ki, Sovet sisteminə bağlı bir partiya idi. Təpədən dırnağa. Yəni özündən heç bir iradəsi yox idi. Heç bir hərəkət. Hətta sizə deyim. Demək ki, 12 şəhriverə işləyən gecə. 12 şəhriverə işləyən gecə. 12 şəhriver bəyaniyəsi hazırlanacaq və veriləcəkdir eşiyə. Düzdür. Gecə bunun mətni gedir Hizb-i Tuğdanın əlinə çatır. Və Hizb-i Tuğda gecə saat 4-də toplantı keçirdir. Ilə yönetimində toplantı keçirdir. Və səhər çağı o toplantıdan qərar çıxır ki, biz demək ki, Azərbaycan Demokrat Firqasının 12 maddəli 12 şəhrivər bəyaniyəsini məhkum edəcək. Səhər çağı saat 6-da Hizb-i Tuğdanın öz mətbuatında 12 şəhrivər bəyaniyəsi çıxır. Bilirsiniz niyə? Niyə çıxdı? Nədən çıxdı? Demək ki, saat 4-də bunlar qərar alırlar ki, bunu eləyəcəklər, məhkum eləyəcəklər, qabağında dayanacaqlar. Saat 5 olmamış Moskovadan bunlara əmr gəlir ki, sizin haqqınız yoxdur, bu işi görəsiniz. Və hətta bunu siz ilk basınızda verəcəksiniz eşiyə deyə, onlar da tabi olaraq bunu verirlər eşiyə. Tabi olaraq. Buna deyərlər bağlılıq. Buna deyərlər demək ki, tamamilə özündən hər hansı bir özgürlüyü, bağımsızlığı olmayan bir hərəkət təşkilat. Ya belə deyək. Azərbaycan Demokrat Firqası. Azərbaycan Demokrat Firqası Buyur. Azərbaycan Demokrat Firqası ilə demək ki, Azərbaycan Komünist Partiyasının münasibəti bir idi, bir formada idi. Politburo'nun, yəni Moskova Politburo'sunun demək ki, münasibəti ilə bir başqa idi. Azərbaycan Demokrat Firqası ilə Komünist Partiyasının iç-içə girmiş o qədər birliyi var, o qədər doğmalığı var idi ki, o qədər. Bu doğmalığa demək ki, Moskova heç bir zaman razı deyildi, icazə vermirdi. Ona görə də Mirzəfər Bağlıq 9 maddəlik bir istək ortaya qoydu. 9 maddəlik istək əsasında bu idi ki, tezliklə, acilən Azərbaycanın güneyinə Moskova tərəfindən və SSR tərəfindən köməklik verilməlidir. Nəinki köməkliyi Stalin vermədi, Molotov vermədi, Beria vermədi, nəinki onu vermədilər. Bəlkə demək ki, Mirzəfər Bağlıq ultimatum verdi ki, bundan sonra əgər sən Azərbaycanın güneyi ilə bağlı bir kəlmə söz danışsan, birbaşa Sibriyə və Xalq məhkəməsinə sorğu verirsən. Və onu neynədi? Tamamilə qırdı. Ondan sonra idi ki, Azərbaycan Demokrat Firqası tamamilə əliyalın qaldı. Tamamən əliyalın qaldı. Baxın, mən bağlılığın anlamını düşündüm. İndi məsələn partilər bir şeylər verməlidir, xarici dövlətlərdən bir şey almalıdır. Çünki
Heç bir məmləkət tarixdə müstəqil ola bilməz. İlla ki, bir ayrı məmləkətlərdən himayət alır. Onların Əlbəttə ki. da mənafeyi təmin olmasa, mənfəət sənə verməzlər. Yəni, alverdi da, siz onun mənfəətini təmin edəcəksiniz, o da sizə silah verəcək, iqtidat verəcək, pulun verəcək. Bunu necə baxırsınız? Baxın, o doğrudur. Mən dediyim kimi, əslində bu məsələlər elə bir məsələ, elə bir necə deyim, aydın məsələdirlər ki, nə sən bunu dana bilərsən, nə mən bunu dana bilirəm. Əsla elə bir şey olmaz, olmur. Baxın, amma dediyim kimi, üst-üstə düşən bir mənafelər var. Bu günləri İranla Azərbaycan arasında olan diplomatik münasibətlər bir tərəfə qalsın. Azərbaycanın arasında olan münasibətlər milyon demək ki, özelliği ilə bambaşqadır. O milyon özelliğinin içində, milyon deməyək da, biraz şişirtməyək. Deyək ki, məsələn, yüzlər deyək, yüzlərin içində elə bir məqamlar vardılar ki, Azərbaycanın dövlətçiliyi ilə Güney Azərbaycanın milli hərəkatını bir-birinə elə bağlı ki, bir-birinə ki, bunları qoparmaq mümkün deyil. Bu bağlılıq deməkdir. Bu doğma bağlılıq deməkdir. Ya Türkiye ilə hakeza olsun. Bu doğma. Ancaq bunun qabağında qarşısında elə bir məqamlar vardılar ki, mən kiçik Güney Azərbaycan Milli Qurtuluş Partiyası olaraq, kiçik olaraq, bir upotca, belə deyək, olaraq və Azərbaycan dövləti nəhəng bir dövlət olubdur, nəhəng bir sistem olubdur. Demək ki, əgər mənim ilkələrimi, bəlli başlı bir ilkələrimi gəlib deyək ki, sən bunları tətil elə və mən sənə himayət edeyim. Onda mənim varlıq vücudumun, varlıq fəlsəfəmin əhəmiyyəti qalmadı, mənası qalmadı. Doğru. Anladabildim. Teşekkürler. Təşkilatların və hər türlü fəaliyyət edən insanların xarici ölkələrdə mali yardım almağına necə baxırsınız? Valla təşkilat dediyin təşkilat fərqli bir şeydir. Təşkilat olur ve hüquqi şəxsiyyət, fərdlər olur ve həqiqi şəxsiyyət. Mən həqiqi şəxsiyyət, həyatım boyu həqiqi şəxsiyyətdə olmamışam abi. Heç bunun doğrudan doğrusu bunun nə qədər bilmirəm ya, dadını da dadmamışam var, belə deyim. İnan ki, əziz canıman da olsun, öz canıman da olsun deyəm, balalarımın canından da olsun deyəm. Mən İnsaf Əli bəy, əslən şəxsi olmanın dadını dadmamışam indiyənə qədər. Mən hər zaman həqiqi hüquqi şəxsiyyət olmuşam. Yəni bir təşkilata bağlanmışam. Tamam, Özümü bilib hukuki şəxsiyyət olaraq baxırsınız. Bizim Güney Azərbaycanda bir də insanlarımız vardı ki, məsələn kitab çıxadır, istir radyosu olsun, istir televizyonu olsun, istir ruznamə çıxasın, istir parti qursun, istir hər iş görsün, bir iş görsün, huquqi bəşər fəaliyyət eləsin, filan bəhman, pənahəndələrdən himayət eləsin filan. Bunlar istirlər xarici dövlətlərdən yardım alırlar. Bu xarici dövlət fərq eləməz, hər hangi dövlət olursa olsun. Yardım almağa necə, mali yardım almağa necə baxırsınız? Elə onu dedim da, mən deyirəm, fərq olaraq onu bilmirəm. Çünki hər hansı bir usulen olaraq təcrübəm yoxdur bu məsələ ilə bağlı. Amma partiya olaraq sizə ərz etdim. Dedim ki, biz partiya olaraq hər hansı bir üst-üstə gəlmiş ortaq demək ki, mənfəətin əsasında təbii ki, məmnuniyyətlə köməklikdə almaq və məmnuniyyətlə köməklikdə verməyə hazırım. Necə köməklik verməyə hazırım? Məsələn, mənə gəlsinlər desinlər ki, sizə məsələn biz köməklik edirik filan. Amma sən büyük ki, bizə məsələn Təbrizdə nə qədər cəmiyyət yaşayır, hansı məhəllələr var, hansı filan. Bilirəm ki, hamısını düzləyə bilirlər, bizdən daha yaxşı bilirlər. Məsələn, belə bir məsələ başım üstə, gözüm üstə verirəm. Ya məsələn, bu günləri Güney Azərbaycanın iqtisadiyyatı potansiyelini, Güney Azərbaycanın demək ki, bu günləri hansı holdinglər Güney Azərbaycanda fəaldırlar, hansı holdinglər milli fəaliyyətə yaxındılar, hansı holdinglərlə demək ki, işbirliyi. Bilirsiniz, bu tür baxanda elə bir ki, məsələn, casus kimi görürük özümüzü. O birisi dövlətlər. Amma dövlətlər bu tür baxmırlar çox vaxt. Məsələn, Radio Amerika deyir ki, məsələn, sən mənə deyən Təbrizdə nə var? Məsələn, ordu nə var, küçə nə var? Bunların heç yoxdur. Deyir, bu adam yavaş-yavaş mənim istəyimi, xəbərlərini içində millətin qulağına yetirəcəkdir. Məsələn, misal vursam,
Biz Xumeynini sən cənabınız tanırdınız. Cənabınız məndən biri 10 ilcə bəlkə yekə olarsınız, bəlkə kiçik olarsınız, bilmirəm. Amma siz Xumeynini tanırdınız doğrudan. Xomeyni'yi tanırdım. 56'da siz 56'dan qabaq 55'də Xumeynini tanırdınız. Ben 42. ildən tanınmışam biraz. Necə? Tanımışam. 42'də neçə yaşınız var idi tanırdınız maşallah. Ben Xomeyni'nin Xurdat hərəkatından Xomeyni'yi tanımışam. Tamam. Sana dedim ki, ben bir siyasi ailede böyümüşəm. Tamam. Siyasi ailede, tam bir siyasi ailede Tamam. olmuşam. Yani benim kulağım tanıdıq. Mən özüm məsələn, mənim ailəm, mən tanıdıqlarım bu İran milləti, İranda yaşayan millətlər. Bunların hamısı Radio BBC-dən tanıdılar. Radio BBC-yə orada işləyənlər heç xəbər verməzlər. Məsələn, vaqəən mən işləmişəm də, Radio Amerikada işləmişəm, Radio Fərqdə işləmişəm, Radio Almanda işləmişəm. Bunlarda işləmişəm, BBC-yə xəbər vermişəm. Burada sənə deməz ki, filan xəbər ya filan ittilatı gətirməni. O deyir ki, buradan bir məlumat oradan verəcəkdir, buradan yayılacaqdır. Mənim düşüncələrim yayılacaq. Mən Xumeyni yaradacağam orada. Onu gətirib bir də sizə bir Xumeyni yaradır. Sizə birdən Pəhləvi yaradır. Sizə birdən zindiki azadi yaradır, bilirsiniz? Yəni ya sizə birdən Cümbüşü Səbzi məsələn deyir, ya filan deyir, ya Fəhman deyir. Burada bir öz hərəkətinə, özünün istəklərinə mail olan hərəkətləri yekəldir, onları əsil göstərir. Onun şükəlcəsində o birisi hərəkətlər kiçik göstərir. Yəni bu o medianın işidir. Medianın, tamam medianın işi budur. Və dövlətlər bunun üçün casus istəmir oraya istihdam edir. Deyir, sən mən xəbərlər istihdam edirəm, sənə sən casusluq üçün. Əslən bunları danışmazlar. Sən oradan o məlumat verir. Yox, o məmuli. Orada bir nəfər özünü öldürübdür. O niyə öldürübdür? İstəyirsən ki, ondan bir dənə adam. Bunlar da sizin öhdəzədir. Yəni xəbərnigar təşrif verir. Orada bir nəfər öldürüb. Mən onu xəbər edeyim ya yox. Birdən görürsünüz ki, bir nəfər özünü öldürübdür. Məsələn, bir nəfər də toy edir. Mühüm bir adam. O əslində o öldürəni bir ötür. Mən bu adam məsələn da sinemanın xargərdanı toy edir, onu xəbər eləyəcəm. Bunu xəbər eləmir. Bu yəni bu da biz belə deyəndə ki, məsələn xaricilərdən kömək alaq, illa bu nəzərə gəlmir ki, məsələn sizə deyirlər, sən həttəmən mənə bu köməkliyi eləyəcəksən. Yox, belə bir şey yoxdur. Yəni biz heç olmasa mənim 35 il, 36 il rüzgarlıq təcrübəm mənə deyir ki, belə bir şey yoxdur. Elbette ki, indiki olubdur Hidayət bəy. Məsələ çox fərqlənibdir. Çox fərqlənibdir Müsəf Əli bəy. Məsələ daha geçmişlər kimin eyvayına gəldi, bir dənə Rus casusunu tutdular, apardılar, işgəncələdilər, finəylədilər. Zaman çox dəyişibdir. Artıq elə zaman dəyişib ki, o casusluq əsasları da tamamən təbcir olub, dəyişiblər. Məsələn deyirəm, bu günləri mən istəyəm ki, Güney Azərbaycanın qaynaqlarını, yeraltı qaynaqlarını öyrənəm, İngiltərədən, Amerikadan öyrənəcəm. Çünki onların əlindədir hər şey. Uydu o tərəfdən tamamən onları demək olar ki, mənə müsəllət eləyibdir. Casusluq məsələsi tamamən yerdən göydən. Amma casusluq baxın, məsələn deyirəm, İranda bizim indi 10-15 dənə yazarımızı, milli mədəni fəalımızı tutublar, salıblar zindana, casusluq ittihamı vurublar. Zalib budur. Və bu gün dünəndən də etisab qəziyə başlayıblar bunların bir neçəsi. Yəni bizim bir də mədəni fəallarımız dünəndən aclıq aksiyasına giriblər. Özləri çörək yemirlər ki, su içmirlər ki, bizim haqlarımızı, çünki zindanda olan sənin bir haqqın vardı. Mənim torpağımı işğal eləmişsən, məni də tutmuşsan, salmışsan zindana, amma sənin bir vəzifən var mənim önümdə. Mənim zindana salmışsan, zindanın qabağında bir vəzifəm var. O vəzifəni yerinə çəkir. İndi onlara deyirlər casus. Bunlara deyəcəksən ki, bu hangi bomba atom mərkəzində işləyir? Bu hangi əsnadi sirri, fövqi sirri idarəsində işləyir ya gedir, gəlir ki, sən bura deyirsən. Yoxsa bu adam məsələn desin ki, Təbrizdə bir belə adam milli fəal verir, dil istəyirəm, hüquq istəyirəm. Bunun harası casusluqdur? Amma İran dövləti. Yəni onlar casusluq, bəli. Məsələn, getdi 2500 kilo CD kağızı İran atom mərkəzinə götürdülər. Burada vanitə, trak. Qədim taksi var deyərdilər. Vurdular taksi bara, götürdülər, gətirdilər İsrailə. Ona casusluq deyərlər. Yoxsa məsələn, milli hərəkətdə bir nəfər məqalə yazır. Ona deyir casus. Baxın, bu casusluq mənasını ya bilmirlər. Bunun üçün bizim də zihnimiz normalda İran zehniyyətidir. Yəni, mən dostlarla danışda da görürüm, hamısı İran zehniyyəti ilə baxırlar ki, yox, dövlətlər
normalda köməklikdə edirlər. Biz gedib istəsək, mənə radio, televizyon ver. İsraildən gedib radio, televizyon istəsəz, demirəm cənabza, hər kəs. Demir ki, sən mənə casusluq edəcəksən, ya casusluq dəftərim olacaqsan. Məsələn, İsrailin özünün radiosu var idi. Heç vaxt o adamlar əslində İranla ciddi bir irtibatları yox idi. O orada deyir ki, mənim bir milli mənafeyim var. İsraildən bir gözəl buradan xəbərlər gedəcəkdir. İsraildən gözəl imaj yaranacaqdır. Bu mənim milli mənafeyimə köməklik edəcəkdir ki, sabahları İranda məsələn, taza bir rejim qurulsa mənim əleyhimə qurulmayacaq. Bu özü böyük bir şeydir. Məsələn, deyir, da belə hesab edən 50 milyard mənim xərcim olar. Mən 20 ildə 1 milyard xərcləsəm, o xərci 50 milyard xətəri gətirəcəm, məsələn, ödərəm 100 min tümən. 100 bin dolar. Doğru. İslam ərzədiyəm, yəni radio budur ki, amma biz bunu ya hüquqi bəşərə məsələn köməklik edir. Məsələn, bir də şeylər vardı, təşkilatlar var, adamlar var, fabrikalar var. Falan deyir, mən maliyyatımı verəcəyim dövlətə, bunun 5%-ni verirəm, sən getginə hüquqi bəşər işlə. Mənim mənzurum budur. Yəni orduya getsin, ordu şey qəbir axı. Mən indi məsələn mən bir dəfə biri ilə danışırdım, dedim, nə cür olur məsələn bu servisi casuslara nə cür? Dedi, axı məsələn sənin nə təxəssüsün var ki, casus olasan? Dedim, jurnalistsə, bir dəfə hər yerdə olur jurnalistsə, səndən casus çıxmaz ki. Casus bir atom mərkəzində işlər, bir Riyasət Cumhurinin bir mühüm yerində olar, rəhbərinin bir mühüm yerində olar. Məsələn, heç olmasa əl çıxar, ya rəhbər bu günləri məsələn 4 dəfə getdi tualeti ehtimalən ishal tutubdu. Məsələn deyirəm, orada bir məlumat verər, bu dövlət deyər, axı mən umumi də deyirəm ki, deyəm ki, rəhbərin yaşayışı şey edəcəm, casusluq edəcəm. Baxın, onun üçün bizim düşüncələrimiz İran baxışından, pəncərəsindən. Hər halda buradan keçək. Əziz dostum, siyasi olaraq hangi dövlətin, dünyada bir belə dövlətlər var, hangi dövlətin siyasətlərinə yaxın görürsünüz öz təşkilatınızın siyasətləri? Öz təşkilatlarımızın siyasətlərini hər şeydən öncə əsas doğma bağlarımız olduğuna görə Azərbaycanla daha yaxın görürəm. Çünki doğma bağlarım çox bir-birinə giribdir. Yəni iç-içədir, daha doğrusu. İç-içə olduğuna görə onlara yaxın görürəm. Amma Almaz məsələsi deyincə, bu təbii ki, istər-istəməz hər zaman Azərbaycan deyəndə, siyasət deyəndə, ya diplomasiyası deyəndə, yenə deyirəm ki, bunun ümumiyyətlə dünyada ən yaxşı olduğu deyil. Ən yaxın olduğudur. Məsələ odur. Mən heç bir zaman bir ideal sistemi dünyada görmürəm ki, tam olaraq %100 bir ideal sistem olar. Hər bir millət, hər bir dövlət özünün milli mənafeylərini, ilk öncə özünün dövlət mənfəətlərini və sonra əgər pay gəlirsə, olursa, özünün milli mənfəətlərini və millət mənfəətlərini düşünür. Bunun da zaten istər-istəməz o şeyləridir, belə deyim də, hansı potansiyellər əsasında bu eləyə bilir ki, çağdaşlığıyla, insan haqları ilə, ondan sonra demokrasiya ilə, sonra laikliyi ilə və dünyada olan qlobal siyasətlərlə bu uyğunlaşsın. Hansı bağlarda ola bilirsə, bununla gedir qabağa, bu məsələ ilə gedir qabağa. Hər bir hərəkəti, hər bir təşkilatın, hər bir demək ki, dövlətin belə deyək, hər bir dövlətin siyasətlərində təbii dərin nöqsanlar vardır, yoxdur deyil. Ancaq bu dərin nöqsanların bir çoxunu biz görmürük, bir çoxunu biz bilmirik. Çünki biz tam olaraq bunun içində deyilik. Doğrudur biz siyasətlə uğraşırıq, doğrudur gecə-gündüz siyasətlə bağlaşırıq. Amma bu siyasətdə də əsas tutan da bizim bu günləri siyasətimizi, yəni mən ümumi danışıram deyim. Əsas tutan da bu ümumi siyasətimizi media tamamilə özünə təslim edibdir. Medianın sürüklədiyi hansı alan varsa, biz zaten istər-istəməz o alana sürüklənir. Bu bizim əlimizdə də deyil çox. Yəni media hakimiyyəti dünyada bu günləri artıq dünyanın tamamən metodunu dəyişibdir. O baxımdan mən gəlib deyim ki, məsələn deyirəm, mən çünki bu günləri bir təşkilatın başında gedirəm, gəzirəm, mən gərək çox belə böyük danışam mən. Yox, elə bir şey olmaz. Çünki bunu inananlar olmazlar. Mənim qabağımda qarşımda dayanan insanlar
daha doğrusu mən qədər elə bilgin sahibdilər, mən qədər bilgi sahibləridirlər. Məndən çox olması da az deyirlər. Ona görə də səmimi olmaq gərəkir bu günlərə. O baxımdan mən gəlib deyim ki, bu günlərə hansı dövlət mənim hərəkatımla tam olaraq yaxındır. Yenə deyirəm ki, mən baxıram sadəcə bağlarıma. Bağlarıma baxanda bu günlər Azərbaycan Cümhuriyyəti, dövləti mənim bağlarıma yaxın olduğuna görə mən özümü daha çox yaxın hiss edirəm və özümü daha çox doğma hiss edirəm. Çünki eyni düşünürük, eyni yaşayırıq, eyni demək ki, dünyanı görürük. Pəncərəmiz eyni olduğuna görə mən özümü orada yaxın görürüm. Tamam. Buyurun. İdeolojik, bayaq siyasini soruşdum. İndi ideolojik olaraq öz partinizin ideolojisi hangi dövlətin ideolojisinə yaxın görürsünüz? Türkiyə dövlətinin ideologiyasına yaxın görürəm. Çünki Türkiyə dövlətində Atatürkçülük əsasları bizim də demək ki, gizlətmədən hərəkatımızın, bizim də partiyamızın əsas ideolojik strategiyasını təmin edir. O baxımdan mən türkçü olduğuma görə Türk dünyasının gözdə dövləti olan türkçülüyü əsasnaməsində, anayasasında qeyd etmiş Türkiyəni yaxın görürüz. Niyə deyəsiniz də Azərbaycanı yox? Yok, ideolojik olarak yok. Sizin o şeyinizde. Niye Azerbaycan yok? Tamam. Çünki bilirdim ki, zehninizdə bu oynadı. Hər kəsin zehnində oynar zaten. Necə ola bilir ki, stratejik baxımdan onu və ideolojik baxımdan bunu. Çünki Azərbaycanda çox təəssüflə 1994-cü ildə anayasa dəyişməsi oldu. 1994-cü il anayasası türkçülük əsaslarını Azərbaycan anayasasından tamamilə götürdü, sildi. Hətta türk dilini belə götürdü, sildi və orada hər şeyi demək olar ki, Azərbaycançılığa bağladı. Halbuki buna ehtiyacı yox idi. Zaten türkçülük əsasında Azərbaycanlıqda onun içində tam olaraq, canlı olaraq vardı. Biz ona görə də Azərbaycan türkçülüyünü əsas ideoloji götürürük. Azərbaycan türkçülüyünü əsas ideoloji götürürük. Yəni, türkçülük mənim fikrim, ideyam, düşüncəm və millətim və vətənim, yəni Azərbaycan. Bunların ikisini birlikdə götürmək lazımdır. Bir-birinə gətirib alternatif yaratmaqla biz çox böyük bir çalışlara giririk ki, bundan sonra da inşallah ki, bu olmayacaq. Çünki Azərbaycan sürətlə gedir türkçülüyə tərəf. Buna inanırıq biz. Gözəl. Hukuki olaraq, qanunlar əsasında, yəni hangi dövlətə yaxın görürsünüz özünüzü? Azərbaycan və Türkiyə. Hangi dövləti hukuki olaraq ülkü seçirsiniz? Azərbaycanı tam olaraq, hüquq olaraq ülkü götürürük. Niyə? Səbəbləri də budur. Azərbaycan sekular dövlətdir. Azərbaycanda dinlər hamısı azadcasına bir-birlə yanaşı, bir-birlə qonşu, bir-birlə qardaş kimi yaşayırlar. Azərbaycanda hər hansı bir inanc demək ki, baskısı yoxdur. Siyasi baskı yoxdur deyil, o da gedəcəkdir aradan, o da olacaqdır, bir zaman olmalıdır. Yəni biz dövlətçiliyimizi hifz eləmək üçün mütləqa bəzi demokratik ülkələrdən uzaq gəzməliyik. Çünki o dövlətçiliyimiz bizim əsasdır. O dövlətçiliyimiz yaşarsa, bizim Qarabağımız da dönər özümüzə, bizim torpaqlarımızın hamısı da dönər özümüzə, bizim millətimiz və dövlətimiz də birləşər, vahidləşər və bizim bütün Azərbaycanımız da olar. O dövlətçiliyi əsas olaraq mən Azərbaycanı götürürəm. Tamam. Sağ olun. Sizin təşkilat Türk və Azərbaycan toplumunu idarə etmək amacla bir hukuki sistem tərif etmişmi? Hukuki sistem. Yaratmışsınız. Tabii. Bir hukuki sisteminiz var mı sizin? Yaratmışsınız Azərbaycanı idarə etmək üçün. Yəni Azərbaycan dövlətçiliyi nə deməkdir? Azərbaycan dövləti. Qanun lazımdır, qanunlar. Anayasadan sonra birisine
Məsələn, təşkilatlar üçün bir məmləkəti idarə edən. Deyək ki, bu gecə İran çökdü, sizin partiya istəyir Azərbaycanı, Güney Azərbaycanı idarə eləsin. Qanununuz var mı? Doğru. Yoxsa deyəcəksən ki, yox, İranın qanunları ilə gedək. Yox. Bizim demək ki, sizin əlinizdə olduğu o dövlətçilik programımızda tamamen bu kanunların hamısını bir anayasa özeti kimin ortaya koyulubdur. Bunu da ben yazmamışam diyeyim ki. Bunu da bizim hukukçu dostlarımız, kardeşlerimiz, arkadaşlarımız köməklik ediblər ve biz bunu ortaya koymuşuz. Yani bu demek ki bizim sırf siyasi nokta nəzərdən baxışımız değil. Belki hukuki nokta nəzərdən baxış buna hakim olubdur, yazılıb koyulubdur. Ona göre de biz onu bu dövlətçilik programımızı redaktə eləmişik və bunu dediğim gibi fikrini, düşüncəsini ortaya koyan bizim hukukçu arkadaşlarımız ve Güneyli dostlarımız oldular. Ve ben onlardan teşekkür ederim. Onu hangi hukuk esasını yazdıklar? Onu demək olar ki, əslində bir dövlətə hansı əsasları hakim, hansı əsaslar lazımdır. İlk başta o dövlətin necə tərif olunması. Biz o dövlətin tərifini əsas tutanda Türkçülükdən götürmüşük. Və ona görə də deyirik ki, bizim arzumuz budur əlbəttə. Təbii ki, 10 dana, 5 dana, 20 dana, 30 dana gəlib təşkilat yiyişib bir yerə ya bir demək bir parlament təşkil olandan sonra deyirlər ki, yox, bizim məsələn adımız bu olmasın olsun. Bizdə deyək tamam oldu. Yəni çoxunluq nə deyirsə oldu. Ancaq əslində bizim əsas tuttuğumuz Güney Azərbaycan Türk Cumhuriyyətinin əsasları nədir? Güney Azərbaycan Türk Cumhuriyyətinin əsasları bundan ibarətdir ki, demək ki, əsas qayədə 3 əsas mərhələ gəlir qabağa. O birisi budur ki, Güney Azərbaycanda demək ki, qurtuluş mərhələsinin dövlətçilik mərhələsinə çevrilməsindən sonra tam olaraq bir dövlətçilik kurallarının əsaslarının qoyuluşu, yəni parlamentarist sistemdə oluşması, o parlamenter sistemdə gəlib çox gec, uzaq olmadan Kuzey Azərbaycan parlament sistemi ilə demək, komisyonlar yaratması və digər tərəfdən yaşam belə deyək. Bunlar olub bitirəndən sonra dövlətin bəs burada əsasları nədən ibarətdir? Dövlətin əsasları bundan ibarətdir ki, her şeyden önce demək, bir insanların düşünce ve söz azadlığı. Sonra yani bu demək ki, biz indi bunu belə deyək da İnsaf Əli bəy. Məsələn, tərif eləyək deyək azadlıqlar. Azadlıq nə deməkdir? Dövlətin üzərində olan azadlıqlar nə deməkdir? Dövlətin üzərində olan azadlıqları biz gəlirik belə deyək Amerikanın 1941-ci ildə qoyduğu Sayın Eldar bəy, mənim sualım çox o tərəfə deyil. Onları sonra bəhs eləyəcək. Dövlət bölümünə gedəndə onları bəhs eləyəcək. İndi sorun budur ki, məsələn, Cumhur İslamı dedim, bu gecə yıxıldı. Siz orada dövləti qurdunuz. Bu dövlət hangi qanun üstünə düzəlir bir? Anayasası yoxdur. Bir anayasa varızlığı yoxdur, bir. Yəni sizin heç olmasa bir təklif edici, peyşnahadi farsda deyirlər, bir qanun əsası varızlığı yox, bir. İkinci bu ki, məsələn, bir nəfər gəldi dedi ki, ustandar, fərmandar, sənin ordun filan, mənə filan işi gördük, davaya düşdük. Ya Ər-Arvad gəldi dedi, biz savaşmışıq, istirik boşlanaq. İran qanunları ilə ki, geçib gedibdir, ləğv olubdur, ondan gedəcəksiniz, yoxsa taza bir sistem qoymusunuz ortaya, hukuki sistem. Tabii ki, tabii. Ben elə buna işarə etdim və bilirsiniz çox belə necə deyim, geniş bir bu cavab istər buna. Mən işarə etdim, dedim özətcəsinə bizim dövlət proqramımızda bunlar hamısı anayasa özəti kimi qoyulub ortaya. Anayasa özəti kimi qoyulub. Mən bu anayasa özəti kimi ortaya qoymağı daha doğrusu eğer icazə versiniz elə onun düz üzündən oxuyayım gedim. Ki sürətlə də olsun. Ancaq indi 10 dəqiqə, 5 dəqiqə.
Mesaj edebilirsə İstər xülasə edin. Çünki onu sonralar bəlkə hətta əlavə edərik şeylərə. Bu yazılı gələndə yazıya əlavə edərik. Amma indi xülasə özü usulundan desəz, üsulları budur. Üsulları ümumiyyətlə demək ki, bir dövlətin yaranıb və təşkil tapması, bir dövlətin əsaslarını ortaya qoymasında onun ekonomi bazəsi ən önəmli şərtlərdən birisidir. Ekonomi. Ekonominin necə oluşu, necə gəlişməsi və necə idarə olunması çox əsas məsələlərdəndir. Biz demək ki, bu məsələ ilə bağlı bir təsanüdçülük əsası düşünürük. Yəni bu ki, orta təbəqənin yaranması. Nə kasıb, nə dövlətdir. Bir növ bunu daha xilas edək və qıssadaq deyək ki, modern dünyada sən bunun necə görürsən, necə deyirsən bunun örnəyini. Mən deyərəm bunun örnəyini məsələn bu İskandinaviya ölkələri kimi, Norveç kimi məsələn, İsveç kimi bir dövlət yapısının olması. Bu dövlət yapısının olmasında bir sosial təminat vardı. O sosial təminat millətin var oluşu üçün, millətin həyatı üçün gərəkir, lazımdır. Və bir də vardı, bunun daha doğrusu bir demokratik yapısı. O demokratik yapısı da əslində bu millətin o ekonomi və məişət əsaslarından sonra bunun ikinci aşamada azadlığıdır, özgürlüğüdür, ondan sonra bağımsızlığıdır, vicdan və yəni belə deyək ki, hərəkət azadlığıdır. Bunlar hamısı. Bu onun bir tərəf olunda. İkinci tərəf budur ki, daha doğrusu bu millət, bu dövlətin əslində baxışı, dinə baxışı nədir? Bu dövlətin dinə baxışı tamamilə laik və sekular bir dövlət baxışdır. Heç bir dinin üzərində dövlət qurulmur və qurulmaz. Və hər bir dinin özünə görə dəyərini, etibarını o dövlət saxlamalı və fondlar əsasında ya vakıflar əsasında onu yaşatması gərəkir. Üzr istəyirəm, mənim səsim get-gedə gedir. okey. Mən bir balacını. Tamam. Çünki mən elə iki gündə bətər məni soğuk vurub sinəmə ki. Demək ki, o insan azadlığını dedik və onun əslində hansı əsaslar üzərində olmasını dedik. O tərəfdən gəl ekonomi məsələsini, ekolojik məsələlərini ortaya qoyur. Ekolojik məsələlərdə hansı ekolojik bazələr lazımdır, hansı ekolojik nazirlik lazımdır ki, onu demək ki, piyad eləsin. Ondan sonra ümumiyyətlə sosial təminatı əsli tuturuq biz. Sosial təminat bir millətin, bir əziyyət çəkmiş, bir əzab çəkmiş bir millətin əsasları təşkil edir. Yəni bir millətin əgər qarnı acdırsa, o millətin demək olar ki, heç bir şeyə hazırlığı yoxdur demək. Heç bir şeyə. Bu əsaslarda tuturuq. Biz bir növ öz şeyimizlə, öz demək ki, tipimizlə desək, öz Azərbaycana yaxın tipinlə desək, bir müsavatçı sistemin ortaya qoymasının tərəfindəyik və bunun da bütün detalları hamısı o bərnaməmizdə o şeydə gəlir. Mən İslam belə soruşum, yəni sonunda bura gedim ki, Güney Azərbaycanın sabahları idarəsi üçün, məsələn, gecə yatdıq, səhər Xameneyi öldü, inşallahirrahman, bir boşluq var, burada siyasi boşluq var. O siyasi boşluğu biz doldurmalıyıq. Yəni Güney Azərbaycanlılar ya istiqlal şəklində, ya hər şəklindəki səlah görsələr, xüsusən siyasilər səni doldurmalıdır, paltı ilə. O boşluğu doldurmalıdır. Amma bu boşluğa bir hüquq lazımdır. Yazmalıyıq, qoymalıyıq. Bunu heç parti, burada danışdıqlarımız parti hazırlamayıbdır. Hüquq. Hüququn. Hüquq hazırlamasına boşluq var. Yəni, məsələn, siz bunu necə görürsünüz? Yəni, sizin parti, o birisi partilərdən yığışırlar, bir anayasa yazarlar, təklif olaraq hətta əvvəl. Bir anayasa yazarlar. Bəzi qanunlar ki, lazımdır, fori lazım olacaqdır o hərəkətdən sonra, onlara bir hazırlıq qanunlar yazarlar. Bu tür bir şeyə nə cür baxırsınız? Çox gözəl baxırıq və bizim də demək ki, qardaş təşkilatlarımıza, milli təşkilatlarımıza
sunacaq bir dövlət proqramımız vardı. Bu sunacaq dövlət proqramımızı biz ortaya qoyacağıq. Təbii ki, orada çoxlu naqislər var. Orada çoxlu düzəltmələr olacaqdır, redaktorlar olacaqdır, müzakirələr lazımdır, vacibdir olacaqdır və bunları daha doğrusu siz mənə icazə versiniz, mən gələn toplantımızın, gələn danışığımızın elə əvvəlində bu məsələyə tam olaraq yazılarımızın üzərindən cevap Tamam. veririm. Dediğim kimi. Çünkü niye sənəddir da, sənəd ortaya qoyunca mən sizdən şifahi danışıram. Düzdür, adlı putlu. Amma o bir sənəd olay. Yani sizin web saytınızda bu olsa, insanlar özləri bana göndərmiş əlbəttə. Mən oxuyacağam bunları. Amma dostlarımız da bunu oradan oxuya bilərlər. Ehtiyacı yoxdur biz burada oxuyaq onları. Çünki çox zaman aparar. Çoxlu suallarımızın yeri boş qalır. Amma mesela mən belə düşünürəm ki, Güney Azərbaycan təşkilatları istiqlalçı, federalçı və hər nə ki vardılar. Yəni ortada məsələn Salih bəy İlhamranici'nin Mərkəz Partisi vardı. Onlar mütəqiddirlər ki, millətin iradəsi nə olursa, yəni haqqı təyini sərnimiş. Mənim nəzərimə hər bu üçün də, hətta bunlardan kənarda biri də olsa, bir mərkəzdə toplanıb, liderlər heç olmasa, bir anayasa yazmalıdırlar. Siz necə düşünürsünüz bunu? Təbii ki, yazılmalıdır. Əlbəttə ki, biz bu əziz dostlarımızla, çox hörmətli, sayğılı dostlarımızla, təşkilatlarımızla, baxın, birlikdə demək ki, Bruksel yürüyüşünü keçirdik. Birlikdə Berlin yürüyüşünü keçirdik. Birlikdə bunlarla oturup yeyib, çay içmişik, birlikdə danışmışıq və bu devam etməlidir. Bu hər an devam etməlidir. Bu mənim Eldarın istəyi əsasında deyil. Bu bizim zərurətimizin əsasında getməlidir. Fərdilərin istəyi deyil. Fərdilər, mən ola bilsin ki, burada pis olan. Mən ola bilsin ki, burada məsələn deyirəm, İnsaf Əli bəy, biz demək ki, bu Urfa məsələsi ilə bağlı, Şəhrivər beyaniyyəsi bildirisi ilə bağlı bir ixtilafa rastladıq. Və bu ixtilaf daha doğrusu o qədər dərinə getdi ki, biz onun içindən çıxamadıq. Niyə biz bu qədər zəif olmalıyıq ki? Niyə bu qədər biz yoxsul olmalıyıq? Niyə biz bu qədər öz demək ki, masamızı öz əlimizlə pərəparça etməliyik ki? Nədən? Eldar bəy Qaradağlı cənabları eləyə bilər məsələn deyək ki, mən tamam qruplara, federal olsun, istiqlalçı olsun, haqq təyini sərnişin olsun, müraciət eləyəcəm ki, ağa gəlin bir dana mərkəzi, bir hərəmiz, bir nəfər, iki nəfər hər parti göndərsin, bir dana anayasa komitəsi düzəldək. Topluqda bir dana anayasa yazaq. Təklif edək, qoyaq mizimizin üstünə, deyək ki, sabahları İran yıxıldı, bizim bir anayasamız var. Belə bir şeyə nə cür baxır, məsələn, Eldar bəy Qaradağlı cənabları? Mən çox səmimiyyətlə bu məsələyə o qədər doğma məsələdir. O qədər bizim arz etdiyimiz məsələdir ki, biz bu məsələdən bir an qaçmamalıyıq. Bir an. İnsaf Əli bəy, ömürdür geçirik, həyatdır geçirik. Baxın, bizlərin bu günləri ən böyük missiyası bundan ibarətdir ki, Həsən olar, Hüseyin olar, Kazım olar, nəyi olar, ad vermirəm. Bizlərin bir missiyası var. O missiya birlik yaratma missiyasıdır. Birləşdirici missiyadır. O missiya gəncliyimizə, cavanımıza ümid vermə missiyasıdır. Biz əgər bunu bu günləri verə bilməsək, biz də missiyamızı başqaları kimin, geçmişlər kimin vermədən gedəcək bu dünyaya. Mən əslən birləşmək istəmirəm. Mən şəxsən özümü deyirəm. Mən deyirəm, bir dana komit olar, anayasa yazar. Bir dana komit olar, ki, sabahları müstəqil olduq, biz millətimizi su gəlməyəcək, bərq gəlməyəcək, nəft gəlməyəcəkdir, qaz gəlməyəcəkdir, bizim millətimiz. Bunu mən bu zaman nə cür təmin eləyəcəm? Ona bir dana komitə olmalıdır. Komitəyə boğuran hətta ki, gəlib, mən onda bunun yollarını tapaq ki, biz millətimizi nə cür hiss eləyəcək o məqsədə? Qışlar düşdü, nə eləyəcək? Qaz yox, nəft yox, filan yox, nə eləyəcək? Baxın, onun üçün mən yəni demirəm birləşəm. Birləşmək demirəm. Deyirəm ki, bir işləmək, proje götürək, proje işləyək. Əcəba bizim partilərimiz, məsələn, sizin partiniz belə bir işlərə hazır mı?
Və bizlər birlikdə gəldik ilk 10 dənə təşkilat, sonra 9 təşkilat, sonra 8 təşkilat. Güney Azərbaycan işbirliyi, Güney Azərbaycan təşkilatlarının işbirliyini yaratdıq, işbirliyi komitəsini yaratdıq. Məyər biz bunu yaratmadıq? Məyər biz bunun üstündə 6 ay gecə-gündüz oturub hər həftə oturub danışmadıq. Məyər biz bir məxrəcə gəlmədik? Məcər biz 12 maddəlik buna ilçə yazmadıq. Məcər 12 maddəlik buna düzük yazmadıq. O yazmalarda da, onlarda da mənim də bir az şeyim vardı, payım vardı. Yaxşı, məcər biz bunu etmədik, edə bilmədik. Yine edərik. Bundan sonra da etməliyik. Əlbəttə ki, sədaqətli, sadiq Azərbaycan Türk millətini vahid bir millət olaraq, Azərbaycan Güney Azərbaycanın demək ki, istiqlaliyyətini demirəm. Güney Azərbaycanın milli hökumətini, milli hakimiyyətini rəsmiyyətə bilib tanıyan hər kəs olursa olsun. Biz onlarla oturub bir araya gəlib və yenə oturub birdən nədir? Çox işlər görə bilirik. Mən birlik söhbət eləmirəm. İşbirliyi söhbət edirəm. Yaşa. Sevindim. Bunu sevindim. Umarım ki o birisi partilərin hamısı eşitsinlər bu səsi və belə bir komitə yaransın. Çünki deyirəm bir ittifaq düşdü gecə. Biz səhər hazırlığımız olmasa qədimdən deyiblər yatan öküzün başına duran öküz. Biz o cür eləməməliyik. Yəni o cür eləməməliyik. Hər halda indi kimsə o birisi sualı. İdarə sistemi olaraq, yəni məmləkəti idarə edirik da, hangi dövlətin idarə sisteminə yaxınsınız? Düşüncəsi ki, idarə, məsələn, sabahları məmləkət keçdi öz əlimizə, istirik idarə edək. Hangi dövlətin idarə sistemi bəyənirsiniz? İsmail bəy, mən sizdən bu günlər soruşsam, hansı siz deyəcəksiniz? Ehtimal deyirəm, ehtimal verirəm. Deyəcəksiniz Kanada daha uyğundur. Əgər bir Almanda yaşayan soydaşımızdan soruşsaq, deyəcəkdir Alman. Çünki bunlar bir-birinə o qədər yaxındılar ki, bunlar bir-birinə o qədər bir-birindən, baxın da artıq demək olar ki, dünyada nə o klasik sosial demokrasi vardı, nə klasik liberalizm vardı, nə klasik kapitalizm vardı. Bunlar hamısı bir-birindən bir paylar almışlar. Ona görə də bu günləri Avrupa Birliği vardı. Avrupa Birliği'ndə fərqli, müxtəlif, çox çeşitli düşüncə demək ki, təfəkkürlərin hamısının bir araya gəlməsi vardı. Biz Güney Azərbaycan Milli Qurtuluş Partiyası olaraq mütləqa dünyanın ən gözəl örnəklərindən faydalanmalıyıq. Dünyanın ən gözəl. Birinci budur ki, hər şeydən öncə biz dövlətimizi təşkil edəndən sonra o dövləti yaşatmalıyıq. O dövlətin yaşaması hər şeyin üstündədir. İndi o dövlətin adını qoysunlar faşist, adını qoysunlar maşist, adını qoysunlar nə. O dövlət yaşamalıdır ki, mənim ideallarım yaşasın. O dövlət yaşamazsa mənim ideallarım yaşamaz ki. Ona görə də hər şeyin üstündə dövlətin yaşaması. Mən bu günlər gəlib demokrasiya poz verməklə, hüquq poz verməklə, nə bilim, filan terminlər işlətməklə, filan. Bunlar popularist bir hərəkətlərdirlər. Mənim bu günlər millətimin dövlətinə ehtiyacı var. O dövlətini o millət saxlamalıdır, mən deyiləm. O baxımdan dünyanın hər hansı bizə uyğun olan demək ki, modellərini götürmək və onu anayasamızda yerləşdirmək lazım. Düşündüyüm qədər. Hangi dövlətlərə ya millətlərə yaxın olmağı düşünürsünüz? Hansı dövlətlərə yaxın olmağı düşünürəm? Ya millətlərə, yəni məsələn o ki, dediyim kimi Azərbaycandır, dövlətini öz dövlətimiz bilirik. Milləti də zaten öz millətimizdir. Türkiyənin dövlətini və millətini özümüzdən bilirik. Ondan qalan hər hansı dövlət və millət ki, bax, məsafəsindən asılı olmayaraq, dilindən, məzhəbindən, ondan sonra dərisinin ağından, qarasından, nəyindən zaten hər hansı dövlət ki, bizlə gələcəkdə milli mənafe əsasında və bizim dəyərlərimizi əsas tutaraq bizlə münasibət quracaq, biz də onların mənfəətlərini və sayğılarını əsas tutaraq onlarla münasibət quracaq. Sağ olun. Hangi dövlətləri düşmən tanırsınız? Ya millətləri?
Milləti düşmən tanımırıq biz. Millətdən düşmən olmaz. Millət əgər bir dövlətin demək ki, çomağına təbdil olmasa, əgər bir dövlətin qurbanısı olmasa və o dövlətin tam olaraq özü olmasa, biz heç bir zaman heç millətlə düşmən ola Amma bilmərik. bilirik ki, Hətta vaqiiyyət dünyada millətləri dövlətlər təmsil edirlər və dövlətlər onları yönetirlər. Onlar dövlət nə cür istəyirsə, millət də o cür gedir. Burada nə cür? Yəni məsələn bir dənə indi deməyim millət farslar var. Mən millət qəbul eləmirəm, mən özüm şəxsən. Siz eləyə bilərsiniz, millət qəbul eləyəsiniz təbii ki. Amma məsələn farslar düşmən görürsüz ya yox? yox. Yox, mən heç bir etniki düşmən görmürəm, görə bilmərəm zaten. Əgər görərsəm, demək ki, mən dövlətçilik etməmişəm burada. Dövlət başqa bir mexanizmdir, dövlətin başqa bir baxışı vardır məsələyə. Təbii ki, indi Farsın içində bir iddə İran şəhri, bir iddə pan-İranist, pan-Farsistdir və qati şəkildə türk düşmənləri vardılar. Yoxdular da, bunu danmaq mümkün deyil, olmaz. Tamam. Bunlar dediyim kimi həmin çomaqlardılar ki, Fars dövlətçiliyin əlində əsir olublar, əsarətə giriblər. Mən onları başqa, amma dövlət katibə deyəndə, dövlət bütün deyəndə, mən dövləti heç bir zaman düşmən görmərəm dövlətlərə. Çünki onda dünya patlar, dünya dağılar. Dövlət, millət bir bəşəri irsidir. Millət bir bəşəri irsi olduğuna görə bunu belə görməyimiz lazımdır. Bunun içində təmizlik, arınma, bunun içində demək ki, ideolojiyalardan uzaq, dindən, əslindən, üsulundan uzaq bir dostluq, bir qardaşlıq, bir barış yaratmaq lazımdır. Ancaq bu hansı dövlətlər? O dövlətlər ki, güclüdürlər, qüdrətlidirlər və o dövlətlər ki, həm mənəvi baxımından daha dövlətdirlər. Məsələn, Cümhur-İslami mənəvi baxımından dövlət deyil. Cümhur-İslami faşistdir. Cümhur-İslami faşist olduğuna görə də baxışı ilə, tərzi ilə, davranışı ilə, hər bir şeyi ilə demək olar ki, millətlərin düşmənidir. Bu günləri, indi yəni bu adam... Cümhur-İslamini düşmən tanırsınız? Təbii ki, düşməndir Cümhur-İslami. Cümhur-İslami düşməndir. Səbəb Cümhur-İslami bir dövlət olaraq, bir dövlət yapısı olaraq, birinci 1925-ci ildə demək ki, mənim dövlətçiliyimi səqət etmiş vəsilələrdən birisidir. Özü deyil, amma çomağı olmuş. İkinci budur ki, o bəladan bu yana sistemli olaraq milli assimiliyasiya, milli əritmə, milli eliminasyon siyasətini millətin üzərində qurmuş. Bütün yeraltı yerüstü sərvətlərimi darmadağın etmiş. Bütün demək ki, milli mənəviyyətimi əlimdən almağa çalışmış. Baxmayaraq bizim millətimiz çox böyük olduğuna görə bu günləri bütün onun başında başına gətirənləri başına qaytarır. Baxmayaraq. Amma bu bir yapı olaraq bizim düşmənimizdir, yapı olaraq. Onda da Amma siz bu ki Cümhur-İslami'dən danışmırsınız da, əslində siz İrandan danışırsınız. Cümhur-İslami İran deməkdir bu günləri. Cümhur-İslami İran deməkdir. Cümhur-İslami İranın bu günləri dövləti deməkdir. Cümhur-İslami İranın dövlətindən başqa bir şey deyil ki. Bu günləri 1925 Cumhur-İslami deyil, Pəhləvi deyil, yəni İran dövləti. Əlbəttə, doğrudur. Tamamən doğrudur. Yəni biz ümumiyyətlə deyəndə mənim yəni zehnim gedir demək ki, pan-farsist farsçılığa və demək ki, şöyle bir farsçı İslami Cumhuriyyətə. Yəni 54 il və 44 il məcmuən olanda 98 il bizim millətimizin doğrudur. Tamamən doğrudur. Tamam. İndi bəs siz fəqət dünyada bir dana dövləti düşmən tanırsınız. O İran dövləti. Ondan sonra heç bir dövləti düşmən tanımır mısınız? Dövlət dediyində, məsələn, dövlət yapısı deyəndə, məsələn, bu günlər Ermənistan vardı. Ermənistan bir dövlət olaraq 30 il bizim yeni çağ dövründə və ondan qabaqki
Sovet sosializm sistemin əsasında və ondan qabaqki tezarizmdə bizim millətimizi demək olar ki, nədir, əziyyət veribdi. Soyqırıma məruz qoyubdu, filan eləyibdi. Amma bu dövlət yapısı kimi deyil. Dövlət yapısı ondan qabaqki Rusiyanın, daha doğrusu peşmərgələri kimi əməl eləyiblər. Yəni belə deyək də, Rusiyanın peşmərgəsi deyək. Kürdlərin bir peşmərgələri var. Yəni millət görmürsünüz da erməniləri. Yəni də erməniləri ya bir qrup görürsünüz, ya bir dövlət. Çətələr olaraq, erməni çətələri olaraq, Daşnaksiyonlar, Aistanlılar, ondan sonra ümumiyyətlə fərqli demək olar ki, terror çətələri ki, ümumən Ruslara bağlanıblar, Rusların qolçomaqları olubdur. Onların vasitəsidir. Sonra dövlət olandan sonra, dövlət yapısında da əlbəttə ki, bunun demə 1918-ci il təsisindən sonra hadisələri baxsaq, bir dövlət olaraq, dövlət yapısı olaraq bizim millətimizə nə edibdir? Təcavüz edibdir. Torpaqlarımıza təcavüz edibdir. Ancaq bu günləri həmin dövlət ki, biz demək bu müddətdə onu düşmən tanımışıq, bu günləri artıq Azərbaycan dövlətçiliyinə, Azərbaycan Cümhuriyyətinə yalvarışda düşüb. Artıq Türkiyəyə yalvarır. Artıq demək olar ki, geçmişdə olan bütün bağlarının hamısını qırır və bilir ki, bundan sonraki həyatının yaşaması, bundan sonra həyatının davamı Azərbaycan və Türkiyəyə bağlıdır. Bunlar ikisi olmadan bunun həyatı hər zaman olduğu kimi lobbusuna və lobbularının da demək olar ki, Fransaya, Amerikaya və bu kimi dövlətlərə bağlanması qaçırılmazdır. Bunu çox gözəl bilirik. Kürdlərə necə baxırsınız? Kürdlərə necə baxırsınız? Kürt terrorizmi ilə, Kürt çətələri ilə, geçmişdən olan Simitko çətəsi tutmuş ta bəs ki, demək bu günə qədər Barzani çətəsi, nəyi, ta bu günə qədər demək ki, terror dəstələri ilə bayındırılmış Kürdlərə mən əlbəttə ki, lazım deyil mən düşmən kimi baxım onlara. Çünki onlar mənim millətimə düşmən kimi baxırlar. Mənim torpaqlarıma demək ki, nədir, təməh gözü ilə baxırlar. Və hər kəs indi kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, hər kəs mənim millətimə, mənim dövlətimə, mənim torpaqlarıma təcavüz gözü ilə baxarsa, təbii ki, onun gözünü hədəsindən çıxartmaq mənim ən böyük görəvim və tanırsınız ya yox? Yəni onlar sizi, əgər iddialar var, düşmən tanırsınız ya yox? Təbii, mən terror dəstələrini, terror qruplarını əlbəttə ki, düşmən tanıyıram. Amma Kürt xalqını yox. Tamam. Kürt xalqı mənim düşmənim ola bilər. Buradan bəlli oldu ki, düşmən nədir? Dostları da biraz tanıdıq. Amma indi rəqib dövlətlər ya rəqib millətləri kimləri tanırsınız? Dövlət olsun, dövlət olandan sonra rəqib dövlətlərimizi birlik tanıyarıq. Amma bu günlər rəqib millətlər olaraq deyə, rəqib millətlər qərib bir sualdır və çox bir özündə də bir buruşuqluq vardır. Rəqib millətlər nə deməkdir? Rəqib millətlər, məsələn deyirəm, Ruslar ömür boyu bizə rəqib millət olublar. Ömür boyu. Və bizim torpaqlarımızın üzərində Çar, Tezar, ondan sonra Limanovlar, ondan sonra daha doğrusu fərqli imperiyalar yaradıblar və hər gündə gəliblər. Nəhayət budur ki, bizim millətimizi parçalayıblar. Bizim millətimiz, biz o millətə rəqib millət kimin rəqib gözü ilə baxaq. Yox, baxa bilmər. Aman o dövlətə, aman o imperiyaya biz düşmən gözü ilə baxırıq. Çünki onlar hər zaman bizə düşmən ediblər. Düşməndir ediblər hər zaman. Rəqib millətlər dediyimizdə, rəqib millətlər, mən özümüzə rəqib millət görmürəm, tanımıram. Məgər Farslar gələn Farsistan demək ki, sistemində özlərini bizə rəqib kimin hesablayırlar. Məgər Kürdlər özlərini bizə rəqib kimin? Biz nə Kürdləri, nə Farsları, təbii ki, Kürdlər çox kiçik olduqlarına görə və Farslar da bizlə təqribən demək olar ki, müəyyən dərəcə nisbi şəkildə bir olduqlarına görə gələcəkdə bizə necə davranacaqlar? Gələcəkdə olan dövləti olacaqmı, olmayacaqmı? İnsaf eləmək, bu çox önəmlidir. İran dağılmalıdır. İran dağılacaqsa, orada ərəblər, Kürdlər, Bəluçlar və türkmənlər və biz, Azərbaycan türkləri və bizdən birlikdə olan bizim soydaşlarımız
demək ki, Qaşqaydan tutmuş Xərəzdən öz bölgələrində, məntəqələrində özlərinin hegemonluğunu əldə edəcəklər. Onlara bu faslar necə baxacaqlar? Onların yanında fas dövləti mütləqa olacaqdır, olmayacaq deyil. Mən inanmıram ki, olmasınlar. Çünki Yəzdə, Kirmana və İsfahana və İsfahanın ətraflarını çevrələrlə o yerlərə demək olar ki, sahib çıxacaq bir etnik olmalıdır. Ki o da Farsistan dövləti olacaqdır. Amma o dövlətin nə qədər gücü olacaq, nə qədər qüdrəti olacaq ki, bizlə rəqib olsun. Mən onları da rəqib görmürəm özüm. İndi mən biraz Özümün çaşbaş tutdum ki, siz dövlətləri bizə rəqib görürsünüz. Yəni bax belə soruşum. 3 dənə qavram. Dövlətlər bizə ya düşməndirlər, ya rəqibdirlər, ya dostdular. Siz bunların hangisini görürsünüz? Nə cür görürsünüz? Nə cür bölürsünüz? Ya nə ayrı cür bölürsünüz bəlkə siz? yox, ayrıcı bölmürəm. Bölümlərinizə bir müəyyən dərəcə qatılıram. Ancaq hüquqluq nəzərdən desək, bizə demək ki, hansı dövlətlər bizim mənafeyimizi özlərinin mənafeylərinə zidd görürlər. Hansı dövlətlər bizlə bir arada sülh yaşamanı, ondan sonra barışda yaşamanı və tüketsin demək ki, ortaklaşma iqtisadi, ekonomi, siyasi münasibətləri qurmaqda əgər zorluq çəkirlərsə, bizi çalışırlar ki, müstəmiriyyət içərisində, istismar içərisində onlar mütləqa bizim düşmən dövlətlərimiz olacaq. Mütləq. Amma bunlar millət deyirlər mi? Bunlar dövlətlər. Ona görə deyirəm, millətində bir sənə ağırlıq çəkdim. Tamam, dövlət yox da millət bizimlə ancaq. Həmin dediyim kimi. Tamam. İndi bir də dövlətlər var, bizdən rəqabət edirlər. O istəyir çox mənfəət qazansın, biz də istəyirik çox mənfəət qazanmaq. Dövlətlərdən danışırıq. Bu dövlətlər, bu rəqib dövlətlərlə siyasətiniz, stratejiniz nədir? Onlarla nə cür rəftar edəcəksiniz? Davranacaqsınız? Rəqib dövlətlərlə münasibətlərimiz nə olmalıdır? Rəqib dövlətlərlə münasibətlərimizdə bir uluslararası diplomasiya hüququ var. Bu uluslararası diplomasiya hüququndan biz heç bir zaman üzr etməyəcəyik. Çünki bizim dövlət sistemimiz hüquq dövləti olacaqdır. Hüquq dövləti olduğuna görə də bütün dünyada olan dövlətlərlə, bütün dünyada olan daha doğrusu bu hüquq mərkəzləri ilə, sistemləri ilə siyasi davranışların əsasını qoyan institutlarla çox böyük və güclü bağlarımız olacaqdır. Biz demək ki, nə etnik əsasında, nə din əsasında, nə məzhəb əsasında, nə örq əsasında münasibət qurmayacağıq. Heç bir zaman qurmayacağıq. Sadəcə və sadəcə qarşılıqlı hüquq əsasında. Türkiyə ilə ya Türk dünyası ilə ırq əsasında çox yaxınlaşacağıq. Belə deyilmi? Yox, ırq deməyək da buna. Buna deyək ki, demək ki, nə cür deyim, bütün sahələrdə ideya, stratejiya və ümumən siyasət sahəsində hamısında birləşmə məcburiyyətində olduğumuz əsasında. Çünki biz təsəvvür edin ki, əgər bunu siyasəti bunu qoysaq bina üstünə ki, ırq üzərində qoysaq, baxın, bizim bölgəmizdə və bizim ölkəmizdə gələcək qurulacaq Güney Azərbaycan Türk Cümhuriyyəti üzərində və bütün Azərbaycan Cümhuriyyətində, hətta Türkiyə Azərbaycan Konfederasiyasında belə ırq deyil. Çünki bizim içimizdə başqa ırqlar da yaşamaqdadırlar. Baxın, o zaman ki deyirik Türk dünyası qurulsun, ırqçılıq edirik əslində. Yox, deyil. Tək o deyil, bəy. Tək o deyil. Biz tarixdən gələn bir gələnəyi, tarixdən gələn bir güclü, qüdrətli, demək ki, siyasi ünsiyyəti, tarixdən gələn dili, tarixdən gələn dini, tarixdən gələn bütün mənliklərini, kültürel mənliklərini ortaya çəkən, ortaya alıb və qoyan və burada bir ortaqlıq yaradan bir dünya ilə tərəf. İşarə buyurdu, Ahasqa türklərinə də işarə buyurdunuz. Buyurdunuz da Məsihidir. Amma biz onlarla Məsihi olduğuna görə birləşmirik ki, onlarla Türk olduğuna görə birləşmirik. Bu da yəni bir növ ırqçılıq.
Qaqayüz dedim, Qaqayüz. Demin, Tamam. baxın, Tamam. məsələ bax, bəy bizdə hüquq dövlətçiliyi hər zaman olubdu. Hətta Səlcuqlardan da öncə belə bizdə hüquq dövlətçiliyi olubdu. Səlcuqların içində kimlər yaşamayıb ki, bütün etniklər hamısı bərabər yaşayıblar. Tabii. Heç bundan soruşmayıblar. Soruşmayıblar, sən türksən, kürtsən, sən kimsən, soruşmayıblar. Gəlib belə nədir Osmanlı dövlətinə. Osmanlı dövlətində də heç bir zaman soruşulmayıbdı. Sən xristiansən, sən müsəlmansan, sən nəsən. Sən təbəəsən deyiblər. Sən təbəə, Osman təbəəsisən. Yəni milliyyət olaraq təbəə bilirsiniz də təbəiyyət yəni bir milliyyətçilik demək. Amma bu doğru düzgün tam üstüne oturmur. Bir-birinin üstüne oturmaz. Fərqli şeylərdirlər. Bunu da gələcəkdə inşallah açarım. Əslində biz ümumiyyətlə təhcə övgü üzərində deyil, bəlkə ortaq bir gəlişmə, ortaq bir millətləşmə əsasında demək ki, tarixdən indiyənizdən gələn ortaqlıqda biz dövlətçilik anlayışı ortaya qoyuruq. Təşəkkür Və edirəm. hüquq dövlətçiliyi anlayışıdır. Tabii ki. Rəqib dövlətlərə indi dedik ki, qarşı siyasətləriniz, stratejiniz nədir? Məsələn, farslar olacaq, ehtimalən ərəblər var. Ərəblər ki, çoxdur əlbəttə. Ermənistan var, ondan sonra deyək ki, hətta Türkiyə, mümkündür Türkiyə özü ola. Deyək ki, birləşmirəm, rəqib dövlətdir. Yəni, bir şeylər istəyəcək bizdən çox mənfəət qazansın da. Yəni, bu vaqiiyyət. Amerika var, Avropa var, Kanada var, Avustralya var. Yəni var ki var, 200 məmləkət var. Rəqib, bir-ikisi düşməndir, qalanı rəqibdir. Bunlarla hansı strateji əsasında işləmək görürsünüz? Ancaq milli mənfəətlərimizi, milli mənafeyimizi, birinci dövlətimizin saygınlıqla qarşılanması bu çox önəmli. İkinci, o dövlətimizin millətinin saygınlıqla qarşılanması. Bu əsas məsələdir. İkinci budur ki, biz hansı dövlətlərlə hansı milli mənfəətlərimizi irəliyə götürə bilirik. Bu çox önəmlidir. İnsaf Əli bəy. Bax, məsələn deyirəm, bir vardı, mən məsələn sabahlar gəlib Ermənistanla bir ekonomi, iqtisadi, ekolojik bir anlaşma əsasında protokol bağlayacaq. Düzdür. Bir də vardı, mən gələcəm Türkiyə ilə həmin sahələrdə bir anlaşma əldə edəcəm. Mən Ermənistandan da qazanacağım, Türkiyədən də qazanacağım. Bax, bu çox önəmlidir. Ermənistandan qazandığım mənim Ermənistana qazancı verdiyim əsasında olacaqdır. Yəni, tərazi bunu belə göstərməkdədir. Yəni, Ermənistan məndən çox zəif olduğuna görə, Ermənistan mənə bağlı olduğuna görə mənə bir yük olacaqdır. Amma Türkiyə demək ki, mənim ekonomimi, iqtisadiyyatımı gəlişdirmək üçün yatırmasın Təbrizdə, ondan sonra Ərdəbildə, Qəradağda, Hərdə, hər yerdə mənim gətirib demək ki, qalxışmama, milli qalxışmama bir əl uzadılacaqsa, təbii ki, mənim əvəziyyətim demək ki, olacaqdır, Türkiyə olacaqdır. Əgər bunların hər ikisindən daha güclü, daha qüdrətli bir dənə Avropa ölkəsi olsa ki, sümürgənlik deyil, bəlkə iki əvəziyyətdə olan qarşılıqlı, sayğılı bir münasibət olarsa, təbii ki, mən ondan da vazgeçməyəcəm. Məsələn, kimdir bu günlər gəlsin desin ki, Japonun texnologiyasından mən vazgeçirəm, çünki Japonu sevmirəm. Belə bir şey olmaz ki, dünyada belə bir şey yoxdur ki. Japon texnologiyası. Yəni, məsələn, bir dənə Çin var, bir dənə də Rusiya var. Bunlar necə? Xüsusən Rusiyanı siz düşmən görsətdiniz, Fars dövləti kimi. Bunlarla necə edəcəksiniz? Düşmən dövlətlərlə istəyirəm ki, nə edəcəksiniz? Baxın, mən Rusiya, mən burada bir anlaşılmazlıq oldu. Bəlkə mən doğru düzgün deyiləm. Mən Rusiya ilə Tehran, belə deyək də, Rusiya ilə İran sistemini bir araya qoymuram. Mən Rusiyanı böyük bir dövlət sayıram, böyük bir imperiyadır, böyük bir sistemdə hər gah mən arxamı ona çevirsəm, arxadan məni vuracaqdır.
Çünki onun mənfəətləri, mənafeyi onu icab edibdir. Onun demək ki, siyasəti hər zaman 15-ci əsrdən ta indiyənə qədər belə gəlib, belə də gedir. Çünki Rusiya dövləti mənim dost dövlətim olmayacaq, deyil də, heç bir zaman. Amma bəzi müştərəkil mənafelər vardılar ki, o müştərəkil mənafelərdə, o ortaq gəlişmələrdən və Rusiyanın sənətindən istifadə edə bilirəm, belə. Mən Rusiyanı əzəl, əbəd bir düşmən kimi deyil. Bəlkə dediyim kimi, çox belə inanılmaz şəkildə deyim, arxain olmayan bir sistem kimi görürəm. Rəqib görürsün. Arxain olmayan bir rəqib. Rəqib deyil, belə deyim, sümürgən bir atmosferdə, sümürgən bir havada, sümürgən bir demək olar ki, təfəkkürdə, fikirdə olan dövlət sistemidir bu həmişə. Həmişə budur, belə. Aman, İran dövləti deyəndə, İran dövləti mənim yıxılmış dövlətimin üzərində qurulubdur. Bu tamamən fərqlidir ondan. Tamamən fərqli. Ona görə də bizim logomuzun üzərində demək ki, Təbrizdə 100.000 gəncimizin içində çıxılan Soft Azərbaycan is not İran ingiliscə. Bizim logomuzun mərkəzində yerləşibdir. Bəlkə bir çox dostlarımız vardır, bir partiya qardaşlarımızdan, əzizlərimizdən vardır, bizə iqa çıxartdılar ki, bu nə deməkdir? Dedim, bu o deməkdir. Dünya görürüz ki, Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı bir kartla oldu. O da istiqlaliyyət kartıdır. Bizim 2 kartımız, 3 kartımız yoxdur. Bizim hər cibimizdə bir kartımız yoxdur. Biz həm istiqlalçı, həm federalçı, həm İrançı ola bilmərik. Bizim ancaq bir kartımız vardı. O da bizim logomuzun üstündə vurulubdur. Baxın, görürüz. Bizə iqa çıxardacaqsınız, çıxardacaq, amma biz biliyoruz. İndi hangi özellikler Farsça diller hususiyat verdiği esasında bir devleti dost, birin düşman, biri de rəqib tanırsınız. Bunun o ölçü ki ölçünsüz bunları, bu dostdur, bu düşmandır, bu da rəqibdir, o nədir? Dost mənim demək ki, ümumiyyətlə tariximi, gələnliklərini, ondan sonra öngördüyüm gələcəyimi, ondan sonra daha doğrusu millətimin bağları ilə bağlı olduğunu, millətimlə bağlı olduğunu, bir növi bağlı olduğunu, sonra özünün var oluşunu, mənim var oluşumla eyniləşdiyini, yəni qarşılıqlı olaraq biz əgər bir-birimizdən olmaz, ikimiz də yiyilərik deyə düşünən və bu sistemli gəlişmələrdə olan dövlətlər mənim dost dövlətlərimdir. Məsələn bu günləri Pakistanda o da Cumhur İslamıdır. Bilirsiniz, Pakistan da Cumhur İslamıdır. İran da Cumhur İslamıdır. Onun Cumhur İslamından İran Cumhur İslamının yerdən göyə fərqi var. Onun baxışı bizə daha çox doğmadır. Ta İranın, Farsların baxışı bizə. Məsələn, bu günləri Pakistanla Azərbaycan çox yaxın dostlardır bir-birinə. Çox yaxın münasibətlər var. Türkiyə ilə Pakistanın çox yaxın münasibətləri var bir-birinə. Pakistanla Orta Asiyada olan Türk dövlətləri ilə münasibətləri çox yaxındır. Niyə? Bunlar elə bir gündəm elə gəlmir ki, bunlar demək olar ki, bir silsilə ortaqlaşma sisteminin bir-biri ilə artıq demək birləşməsi, bütünləşməsi əsasında olur. Bunlar bizim dostlarımızdır, dost ölkələrimiz. Bir də vardı bizim demək ki, qərb ölkələrimiz vardı. O qərb ölkələrimiz dediyim kimi arxavı ona çevirmə. Arxavı çevirərsən arxadan vuracaqdır dəvə. Amma hər zaman gözün bir onda olsun, bir də gözün özündə olsun deyə düşün və beləliklə onunla neynə münasibət bağlı. Çünki dünya barış istəyir. Dünya savaş istəmir, dünya barış istəyir. Bu baxımdan. O mənim rəqib yerimdir. Dostum, rəqib ölkəm, ya dövlətimdir. Bir də var ki, xəsm ölkələr. Xəsm ölkələr dediyim kimi, mənim torpağıma, mənim
milletimin var yoxluğu, mənim zəngin yeraltı yerüstü sərvətlərimə göz dikən, mənə bir sümürə hesabı ilə baxan kimsə olursa olsun mənim düşmənim sayılır. Gözəl. İndi bu düşmən dediniz millətlər ya dövlətlər də siz cənabınız dövlətlərdən danışırsınız. Bu dövlətlərlə bir yerə gəlmək imkanı varmı? Tabii ki, hər dövlət ilə gəlmə imkanı var. Məgər o dövlətin demək ki, fonksiyonu dəyişər. O dövlətin fonksiyonu necə dəyişər? Məsələn, bu günləri İsveçdə sosial demokratlar hər zaman olduğu kimi demək ki, demokrasi adına Kürt terrorizminə bayındırıq verib, eləyiblər, pənahgah açıblar. Harada? İranın quzeyində. Bunlara demək ki, klas qoyublar. Demokrasi klas qoyublar. Amma əslində demokrasi klas deyil. Bunlara demək ki, anti-türkçülük klası qoyublar. Filan eləyiblər. Yəni bu sayaq. Bunların hər zaman hakimiyyətdə olduğu zamanlarda parlamentidə Türkiyənin əleyhinə səs veriblər. Azərbaycana xoşbaxt deyiblər. Baxmayaraq ki, çox ehtiyacları var Azərbaycanın nəftinə, qazına, baxmayaraq. Amma daha bahasına ayrı yerdən təmin etməyə özen göstərirlər bunlar. Bu, sosial demokratların baxış açısıdır. Bu yapının dövlət yapısına çevrilməsində biz bunlarla işbirliği yapabiliriz. Amma sabahları bir başqası gəlir, daha fərqli düşüncəylə, daha bunun demək ki, tərs düşüncəsilə Türklərlə münasibət bəsləməyə can atır. Onlara demək olar ki, yaxınlaşma hissi yarandır. Onların teröristlərini, yəni onlara qarşı teröristləri tutur təhvil verir deyə belə bir şeylər olanda bizim baxışımız ona dəyişir. Yəni demək istəyirəm ki, baxışlar, siyasi baxışlar hər zaman olduğu kimi nisbidir. Müstəfəli bəy. Heç bir zaman mütləq baxış, siyasi mütləq baxışımın ortada olur. Rəqiblərlə əməkdaşlıq imkanı necədir? Ən böyük rəqibləri düşünsək, bu günləri Fransa, Almanya. Fransa, Almanya bilirsiniz, dünyanın ən böyük rəqib dostlarıdırlar. Ən böyük rəqib dostları və gizli düşmənlərdirlər. Bu günləri Avropa Birliyində çiyin-çiyinə, omuz-omuza demək ki, işbirliği edirlər. Pollarını birləşdirdilər. Sınırları aradan götürdülər. Qanunlarını birləşdirdilər. Mühacir alacaqlarını birləşdirdilər. Gedirlər ki, anayasalarını birləşdirsinlər. Gedirlər ki, parlamentlərini tamamen birləşdirsinlər. Yəni, biz niyə bu işi görməyək ki? Niyə bu işi görənməyək ki? Biz zaten istər-istəməz o yola düşmüşük, gedirik. Yəni, Türk dünyası artıq demək olar ki, o məsiri tutub gedir. Dediyim kimi, bəzilərinin gözündə bu xəyal gəlsə, bəzilərinin gözündə böyüsə belə. Rəqiblərlə nə edəcəksiniz? Türk dünyasını rəqib bilmədiniz, onları dost dünyası bildiniz. Onlarla dostluq edirsiniz. Yəni, amma bu rəqiblərlə, buyurun. İşarə verdim. Baxın, demək ki, Fransa ilə Almanı gözəl misal vurdunuz, bəli. Bir başqa da misal vuraq. Bilirsiniz ki, indi bir il geçdi artıq demək olar ki, Qəzdə hadisələri davam etməkdə və yavaş-yavaş sona çatmaqda deyə. Artıq demək ki, o bölgəni, o qıyını, Ağdənizin qıyısını artıq İsrail tamamilə ələ keçirdi. Və bilirsiniz, orada çox böyük yataqlar var. Hələ kəşf olunub, bilinibdir, amma hələ çıxılmamış, kəşf olunmamış böyük yataqlar var. O yataqların gələcəkdə 5 dənə ölkə, rəqib ölkə 5 dənə, iki qardaş ölkə, bir də rəqib ölkələr birlikdə mənfəətlərini axtaracaqlar. Kimlərdir? Libiyadır, Mısırdır, Türkiyədir, Azərbaycandır, İsraildir. Bunlar qərib dövlətlər və yaxın dövlətlər və uzaq dövlətlərdirlər. Azərbaycanın orada o suda şey yoxdur. Azərbaycanın yoxdur.
yoxdur. Yox, yoxdur, amma Azərbaycanın nəqd inkişafında və ümumiyyətlə yeni yataqlar tapmaqda çox böyük bir Tamam, şey var, Bildim, keçmişi bildim. var. Mütəvəccüh oldum. Çox Bəli. böyük, çox böyük teknik işbirliği olacaqdır Azərbaycanın və bu məsələ təkcə bu dövlətlər vasitəsilə deyil, bəlkə dövlətlər üstü trustlar və kartellər əsasında olacaqdır bu işbirliği. O dövlətlərin kartelləri və trustlar üçün dövlətlər üzərində şirkətlərdirlər. Onlar demək olar ki, dövlətlərin siyasətlərini yönəldəcəklər. Bu onun işbirliği, rəqib ölkələrin işbirliği. Biz də bundan uzaq olmayacağıq heç bir zaman. Tabii ki. Çok güzel. Sizin təşkilatda Güney Azərbaycan siyasi təşkilatların istiqlalçı olsun, federalçılar, istiqlalçılar olsun, federalçılar olsun, İrancılar olsun. Bunları düşmən görürsünüz, rəqib görürsünüz, yoxsa dost? Güney Azərbaycan təşkilatları amma. Əgər Güney Azərbaycan gerçəkdən Güney Azərbaycan təşkilatıdırsa, hamısı bizim dostumuz, qardaşımız və Gerçəkdən yana əminəm. Gerçək sözü biraz şey elədi. Şərt qoydu. Yəni mən bəziləri gerçək bilmirəm. Baxın, İrançılıq əsaslarında Azərbaycanı qatqı verib və bəzən Azərbaycanın adını çəkməsi ilə, bəzən türk demək ki, yaygın şəkildə türk qavramını İranın içinə yaymaqla, Azərbaycanı kiçik göstərib, Azərbaycanı yoxsul göstərib, Azərbaycanı yazıq göstərib və Azərbaycanı təkləşdirməklə məşğul olanlar, bunlarla bizim işimiz yoxdur. Bunlar İran içində federalçı ola bilərlər. İran təşkilatları ilə birləşib və federal sistemə demək ki, özən göstərə bilərlər. Amma bir də vardır ki, demək ki, Azərbaycanın güneyində və İranda yaşayan başqa etniklərlə, hətta öz bacı qardaşlarımızı demirəm, öz soydaşlarımızı demirəm mən, Qaşqayı demirəm filan, hətta ərəblərlə, bəluçlarla, ondan sonra daha doğrusu kürdlərlə də hətta gəlib biz onların xalqlarının, necə bizim təşkilatlarımız vardır, xalq təşkilatlarımız var, millət təşkilatlarımız, onların da vardır özlərinə görə. Birisi istiqlalçıdır, birisi federalçıdır, birisi nədir? Onlarla birləşib və gələcəkdə keçəri olaraq bir federal modelini ortaya qoyanlar, onlar hamısı bizim qardaş təşkilatımızdır. Biz onlara heç bir zaman uzaq gözü ilə baxmarıq. Heç bir zaman onlara biz özgə gözü ilə baxmarıq. Sadəcə hərdən bir sadəcə necə onlar bizi çimdiklərlər, biz də hərdən bir onları çimdiklərik. Ki, bax, incisin, gör hardan incidir, Yəni biz o Rəqib görürsünüz. yoxsa bizim... Məsələn, istiqlalçı təşkilatları rəqib görürsünüz, ya nə görürsünüz? Yox, heç bir rəqibimiz yox. Nə rəqibi görəcək? Biz hamımız bu millətin əsgərləriyik. Hamımız bu millətin. Siz də istəyirsiniz dövlət qurasınız, siz də istəyirsiniz məmləkəti azad edəsiniz, dövlət qurasınız. Onlar da istəyirlər hər şeysən dövlət quran. Rəqibsiz. Bir dənə bir yerdə dövlət qurmaq istəyir 5 nəfər, 10 nəfər. 10 dana hizb yəni. İnsaf Əli bəy, sənin adımla danışaq, insaflı danışaq. Buyurun. İnsaflı danışaq. Bizim bir dənə ana bətnimiz var. Azərbaycan Milli Hərəkatı. Bu Azərbaycan Milli Hərəkatı bizim bütün hərəkətlərimizin, bütün təşkilatlarımızın, partiyalarımızın üstündədir. Bunu yabana atmayaq. Yəni nə deməkdir? Yəni deməkdir millət orada və bu günləri baxın, təsəvvür edin, 2 günün içində milyonlar trakt paylanıbdır. Təbrizdə, Əhərdə, ondan sonra Sulduzda, Ərdəbildə, Urmuda milyonlar trakt, milyonlar yazılar paylaşılıbdır. Bu cümhur seçkilərini boykot eləmək üçün. Altında da açıq aydıncasına yazılıbdır. Azərbaycan Milli Hərəkatı. Nə az, nə çox Azərbaycan Milli Hərəkatı. Biz o Azərbaycan Milli Hərəkatının bir qoluyuq. İstiqlalçı qoluyuq. Amma bilirik ki, bir parti qurular ki, bir parti qurulub ki, hökumət qurur.
Hökumət qurmaq üçün qurulduğu üçün indi dövlət qurar, sonra hakim olur da, dövlətdə bir hakim rola gələr. İndi burada məsələn Azərbaycanda 11 dənə deyək ki, 12 dənə parti var indilikdə. Bunların biraz da federalçıdır, biraz da haqqı təyini sərnişdir, biraz da istiqlalçıdır. Amma siz bunları rəqib görürsünüz, dost görürsünüz, düşmən görürsünüz. Biz bunların hamısını qardaş görürük. Və açıq aydıncasına deyirəm, heç biri bizim rəqibimiz deyil, heç biri. Nə biz onlardan üstünlük, nə onlar bizdən üstündülər. Sadəcə bir ana hərəkətimiz vardı. O ana hərəkətimiz Azərbaycan Milli Hərəkatıdır və biz hamımız onun içində, onun fərqli qollarıyıq. Belə deyim biləsən. Biz tək başımıza da heç iş görə bilmərik. Heç iş görə bilmərik tək başımıza. Gəlib də özümüzü şişitməyək yalan. Tamam. Gəlib özümüzü deməyək. Geçen bir ayrı Yəni, bölümə, mən getiren bir ayrı bölümə icazəsinə. Buyurun. Bizim də hardasa 15 dəqiqə, 14 dəqiqə zət vaxtımız var. Bəlkə də az, 10 dəqiqə zət vaxtımız var. mən Bilmirəm, bölümə keçək bu taraf. saata baxmıram, fəqət səsimə baxıram ki, yenə də səsim gedir. Yox, Mən bir iş devam görürəm, bunu sizə də sifariş edeyim. Mən yaxşılaşdım. Bu biraz limon, biraz zəncəfil, biraz da bal. eləmişəm, Su eləmişəm. suyla, bal suyla qatın, belə böyük bir limanda götürün, o sizi saxlayacaq. Mən düzülsə, bərnamələr üzrə icra eləmişəm, çünki bəlkə mənə soyuq dəymişdi, ölürdüm. Gündə 4 dana dava yeyirdim ki, bu baş ağrım geçsin, programa gələ bilim. Onun üçün, Bundan qabaqdan əgər icazə buyursaq, bizim burada bir 13 dana sorumuz var, qıssa olacaqdır. Bunları soruşun, qıssa cavab verirsəniz, bu bölümü qutaraq bərnamə bugün qutarsın. Çünki elə onu da qutaracaq. plandan qalmayaq uzağa. Elə nə var ki, bu 4 sənəsində bitirəm, 4-5 sənəsində. Deyirəm plandan deyirəm düşməyək Tamam. qalıya. Mən də Tamam. çalışıram ki, qısa verəm cavabları. Sizin təşkilatın yazılı əsasnaməsi var mı? Var. Tamam. Sizin əliniz Təşkilatın əsasnaməsi əlenidirmi? nədir? Sizin əsasnaməniz Türklərin və Güney Azərbaycanlıların oxumasına açıqdırmı? Hamısını açıqdır. Hətta düşmənlərimizə açıqdır belə. Sizin təşkilat indiki aşamada demokratik bir təşkilatdırmı? Qurtuluşçu devrimçi. Qurtuluşçu Qurtuluş- devrimci, amma demokratik deyil öz içində. Niyə? Qurtuluşçu devrimçi hər zaman öz içində demokratikdir. Tamam. Sizin təşkilat demokratik ölkə və dövlət qurmaya necə yanaşır? Ancaq demək ki, qəhriyyə, cəbri ilə. Yəni, sağ olun. Sizin təşkilat demokrasini və demokratik sistemi necə tərif edir? Demokrasi nədir? Demokratik sistem nədir? Demokrasi demək olar ki, əslində bir deyil, təməl deyil. Bir təməlin aşamasıdır və o təməl əsasında dövlətçilik. Dövlətçilik bağlarının ümumiyyətlə güclənməsi, qüdrətlənməsi öz içindən demokrasiyanı yaradlar, doğar və o doğulan demokrasiya artıq o dövlətin əsas təməllərinə çevrilər. Məsələn deyim, dediyim kimi çağdaşlıq, ondan sonra laiklıq, ondan sonra eşitlik, ondan sonra demək ki, yaşam azadlığı, məişət azadlığı və fikir və düşüncə azadlığı ki, bu düşüncə fikir azadlığından demokrasiya demək qazet nədir? Media özgürlüyü, hizb partiya özgürlüyü, təşkilatlar, sivil toplum quruluşlarının özgürlüyü və Türkiyəsin bütün dərnək əsaslarının özgürlüyü təmin olunur. Bunların da ümumi demokrasiyanın əsli budur. Demokrasiya deyim. Qoy bir cümlədə də bunu deyim və keçərci üçün bilirəm ki, siz dönəcəksiniz. Dönəcəksiniz bu işlərə. Demək ki, demokrasiya dövlətin kiçilməsi, millətin böyüməsi deməkdir. Dövlətin kiçilməsi, millətin böyüməsi deməkdir. O yerlərdə ki, dövlət böyükdür, millət kiçilər, o yerlərdə ki, millət böyükdür, dövlət kiçilər. Bu demokrasi deməkdir.
Tamam. Onu da Demokratik bildim. sistem nə deməkdir? Gözəl, sevdim, bu tərifi sevdim. Eşitməmişdim bu tərifi. Mən bunu bir rəqabətlərdə, seçkilərdə dövləti kiçildəcəyəm o ünvanda eşitmişdim. Amma bu tərif demokrasidən gözəl bir tərif idi. Sağ olun. Demokratik sistem nə demək bəs? Demokratik sistem milletin nisbi demək ki sistemləşməsi, nisbi hərəkətlərdə müşarikət etməsi. Nisbi niyə deyirəm nisbi? Nisbi bu deməkdir ki 50-50, yox 90 üzərində olan bir şey. Yəni demokrasi demək ki parlamenti vasitəsilə ondan sonra yerel sistemlərin ortaya gəlməsiyle milletin indi bu əncivənlər olsun, dernekler olsun, o derneklerin esasında daha geniş böyüməsiyle bu sistemləşmə əsasları demokrasiyanın əsasları deməkdir. Yenə deyirəm, sonunda gəlir ön sözümə deyim. Onu da inşallah açarıq gələcəkdə, gələn söhbətlərimizdə. Demək, demokrasi, dövlət sisteminin kiçilməsi və millət, sivil toplum gücünün Gücünün demək. görülməsi. Doğru. Təşəkkürlər. Sizcə demokrasi sistemi Güney Azərbaycana nə zaman gəlməlidir, ya neçə mərhələ və aşamada gəlməlidir? Aşamada gəlməlidir. Özümüzü aldatmayaq. O gün ki biz istiqlaliyyətimizi, bağımsızlığımızı əldə etdik, o gün bütün gücümüzlə, bütün qüvvəmizlə, qudrətimizlə dövlətimizi saxlamağa məcburuq. O dövlətimizin saxlaması sürəcində millətin bir para haqları, hüquqları aradan gedəcək. O azadlıqlar ki millətin haqqıdır, hüququdur, onun gələcəyi üçün, dövləti üçün ondan alınacaq biraz olmuş olsa da. Yəni bu o demək deyil ki, nizami və hərbi güc tətbiq edəcəksin. Yox, o demək deyil. Bəlkə sistem üsulunda dövlətin gücünü, qüvvəsini demək ki, yargın şəkildə, nəinki əmuri şəkildə, üfüqi şəkildə, yargın şəkildə cəmiyyətin içinə yayacaqsan ki, o dövlət millətlə birləşsin, millətlə dövlət demək olar ki, bir hegemoniya, bir harmoniya gəlincə artıq dövlət ondan sonra gücləndi, ondan sonra yavaş-yavaş, mərhələ demək ki, demokratik sistemləşməyini ortaya qoymağa hazır olar. Yoxsa dövlət ilk başdan hazır olmaz buna. Dövlət 3-cü gün, 5-ci gün yıxılar. Demokrasi hasil olmaz, məncuruz buyurdu. İstirdiniz biraz söz. Əgər millətin demək ki, arzu etdiyi və haqqı olduğu o tam demokrasiya dövlətin ilk etaplarında, ilk aylarında, hətta illərində dövlətdən istənilsə, dövlət elə o millətin öz əli ilə yıxılar. Doğru. Çünki o millətin əli ilə deyil. Millətin içinə sızmış 5-ci kanunlar əli ilə yıxılar. Mən gərək tərəfdarlıq eləməyəm düşüncədən. Amma tərəfdarlıq eləyəcəm. Millətə doğrusunu demək, onları ayıtmaqdır. Məncə ən doğrusunu cənabınız buyurdunuz. Biz millətimizə deməliyik ki, nə istəyirik və bu istəməyimizin nə böyük xətəri vardır. Biz elə əvvəl gün gəlsək demokrasi versək, içəridən yıxılar şeydə. Doğrudur. Çox sağ olun. Mən icazə versiniz bir baletənə bir xatirə deyim, geçək. Buyurun. Üzr istəyirəm. Xeyr. Baxın, bu anla eləməsin, başqa türlü düşünülməsin. Ancaq bir gerçəklik, bir vaqiyyətdir. Demək ki, 1998-ci ildir. Bakıda Əvvəz Elçi bəyin evindəyəm, rəhmətli ilə birlikdə oturmuşuq. Və demək ki, Əvvəz Elçi bəy də hazırlanır rəhmətli Heydər Əliyev ilə rəqabətə girsin. Cumhurbaşqanlığına, prezident seçkilərinə. Əvvəz Elçi bəyin yanında 6 dənə təşkilat vardı. Dem Konqres deyilir, Dem Konqres səslənilir. Və bu Dem Konqresin hər birisi bir hava çalır. Müsavat Partisidir, Demokrat Partisidir, Liberal Partidir, Xalq Cəbhəsidir, filan. Hərəsi bir hava çalınır. Ancaq orada ikimiz oturmuşduq, söhbət edirdik, danışırdıq və demək ki,
mən dedim ki, Əvvəz bəy, əgər bu səfər siz gəlsiniz və bu vahid namizəd olsunuz və geçsiz Heydər Əliyevi demək ki, yensiz, Heydər Əliyevi yensiz, nə olar? Dedi, Cumhurbaşkanı olar, belə. Dedi, Cumhurbaşkanı olar. Dedim, çox gözəl. Əvvəz bəy, Cumhurbaşkanı olarsınız. Əvvəz bəy, bu anayasa ilə Cumhurbaşkanı olarsınız. Dedi, anayasanın nə idi ki? Dedim, Əvvəz bəy, mən bu anayasanı da oxumuşum. Siz bu anayasa ilə 6 ay davam gətirməzsiniz. Dedi, niyə? Dedim, Əvvəz bəy, bu anayasa məmləkət üçün yazılmayıbdır. Bir despot üçün yazılıb. Bu anayasa bir demokratik respublika üçün yazılmayıbdır. Bir dövlətin var oluşu üçün yazılıbdır. Bu anayasa 1994-cü ildə rəhmətli Heydər Əliyev iş başına gələndən sonra demək ki, anayasanı dəyişdi. Anayasada çox dəyişiklik oldu. Çox dəyişiklik oldu anayasada. Və anayasanın başında bir dənə Cumhurbaşkanı dayanırdı. O Cumhurbaşkanı eyni zamanda 3 qüvvə ki, bir-birindən fərqli qüvvələrdirlər, müstəqil qüvvələrdirlər. Üçünü də öz əlində saxlayıbdı. Dedim, Əvvəz bəy, siz bir demokrat insan olaraq ki, gerçəkdən böyük demokrat idi. Gerçəkdən böyük demokrat. Dedim, siz bir demokrat insan olaraq bu anayasanın Cumhurbaşkanı ola bilməzsiniz. Ya bu anayasanı dəyişəcəksiniz, ya özünüz dəyişəcəksiniz. İkisindən birisi. Dedim, sən nə bu anayasanı dəyişə biləsən, nə bu sizi bu anayasa dəyişə bilər. Güldü. Dedi, vallahi billahi, dedi, aman siz təbizlənəlim. Dedi, aman siz təbizlənəlim. Dedi, düz düşünürsən. Yəni belə, baxın bəy, biz bunları təzib etmişik. Biz bunları gəlmişik, təzib etmişik. Sən bir millət ki, orada bir söz də dedi. Dedim, demokrasiya. Dedim, Əvvəz bəy, demokrasiya nədir? Dedi, demokrasiya ananın zəninində tuxum salan bətnidir. Dedi, ananın zəninində tuxum salan bətnidir. Demokrasiya. Demokrasiya yəni anadan gəlir. Demokrasiya yəni uşağın tərbiyəsindən gəlir. Demokrasiya yəni uşağın demək olar ki, hər nəfəsindən gəlir. Bizim bu toplantı, bizim bu toplumumuz, bu cəmiyyətimiz onu yaşamayıb ki. Bilirsiniz, biz İnsaf Əli bəy, biz bu Cümhur İslamının və bundan qabaq ki, faşizminin demək ki, ucbatından biz demokrasiya yaşamamışıq ki. Biz bilmiyoruz demokrasiya nədir ki. Demokrasiyanın şuarını verməklə deyil, demokrasiyanı uşağın bətnindən, ananın bətnindən öyrənmək lazımdır. Bunu Avrupa öyrəndi, bunu Amerika öyrəndi, biz öyrənməmişik. Ona görə millətimizə yalan deməyəcəyik. Millətimizə yalan demə haqqımız yoxdur. Hər kəs millətimizə desə ki, mən bugün gəldim demokrasiyanı demək olar ki, bərpa edəcəm, dünyanın ən demokratik ölkəsi olacağım, yalan deyir. Olmaz. Yox, yalan demir, amma cəbər yıxar da, məmləkəti yıxar, qacar kimi təhvil verər, düşmənə çıxar, gedər də, yəni. Onlar bilir yəni. Tabii. Tamam. Mesela o birisi soruya. Düşmənlər efendim? Büyüyoruz. Bəli. Düşmənlər savaş çağında istiqlal alıb, istiqlalı və əmniyyəti qoruma çabası çağında milli hakimiyyəti qorumaq zamanında və milli hakimiyyəti iç və dış düşmənlərdən düşmənlərə qarşı müdafiə etmək zamanında demokratik təşkilat olmaq ola bilərmi? Demokratik düşüncə, fikir və demokratik idea olar. Amma bu demokratik fikir və düşüncəni, ideyanı sabaha daşımaq üçün polad iradə, dövlətçilik iradəsi lazımdır. Bu polad dövlətçilik iradəsi olmasa 2 gündə, 3 gündə yıxarlar bunu. Biz, yenə deyirəm, biz bunu Heydər Əliyevin simasında gördük.
Heydər Əliyevin siması bunu tamamilə bizə ayna kimi qoydu qabağımıza. Lazım deyil ki, mən gəlim burada demək ki, filan danışmənd bu sözü dedi, Behman danışmənd o sözü dedi deyim sizə. Yox, lazım deyil. Bir dana yıxılmış bir ölkəni, yıxılmış bir sistemi Heydər Əliyev gəldi və öz o dəmir geyinlə, iradəsi ilə qaldırdı. Mən indi gəlib nə deyim? Bilirsiniz, mən heç bir zaman nə Heydər Əliyevçi olmuşam. Heç bir zaman nə, yəni mən hər zaman demək ki, Əbvəz bəyin məktəbindən gəlmiş bir insanım. Amma gerçəkləri demək mənim vəzifəmdir, görəvimdir. Gerçəkləri deməklə mən millətimin yolunu aça bilirəm. Əziz qardaşım, bütün istəklərimin əsasını, bütün duygularımı, bütün arzu etdiyin insancıl arzu etdiyin insancıl demək yaşama həyatı bir dəmir yumruq, dəmir iradəli dövlət verərsən. O dövlətin yaşaması üçün sən hər şeyindən vazgeçməlisən ki, Aha. gələcəyi uşaqlarına təmin Elbər edəsən. bəy, çox üzr istəyirəm. 23 saniyədən sonra proqramı öz-özünə qurtarır. Yəni 4 saatımız qurtardı. Suallarımız da 9-cu sorudan qaldı. Çox təşəkkür edirəm huzurunuzdan. Dostlar, bu günləri Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Qurtuluş Təşkilatı lideri olaraq huzur tapdılar. Sorularımıza cavab verdilər. Çox ədəbli, ərkanlı siyasi danışdılar və ən üst